Kamerazı bəli oldu. Selamun aleyküm, aleyküm selam. Hoş gördük. Selam. Hoş gördük. Necəsiz? Hoş Yaxşısınız? olsun, biz de hoş gördük. Sağ olun. Teşekkür ederim ki təşrif gətirdiniz. Çox da o sizin işiniz var idi, amma ondan yarım saatte tez gelmişik. Gözəl. Vallahi Yəni təbrik. sizin sözü soğuşsaz, o adamlar, yani eve adam gələcəkdi. Yubanıblar da, mən də məcburən buradayım. Əgər gəlsələr mümkün də 5 dəqiqə sizdən üzr istəyəm. Tamam. 5 dəqiqəni önəm daşımız. İcazənizlə mən programı başlayayım. Görək necə olur. Salam əziz və hörmətli dostlar, xoş gəldiniz. Mən İnsafəli Hidayətəm, Düşüncə Bağı programını aparıram. Bu bir düşüncə otağıdır, bu otağı fikridir farsça. Və burada bildiğiniz kimi Güney Azərbaycan və İranda olan Türklərin siyasi partilərin dəvət eləmişik. Onların sözçüləri, mənsubları, liderləri hər partidən bir nəfər gəlsin və bir həftə boyunda hər gün 3-4 saat bizim sorularımıza cavab versinlər. O cür baxmayın. Ay. Çox Əlzəliyim ki. Zamandır. Amma görəcəksiniz ki, nə cür geçir. Sorularımız çox ciddi soru, teorik sorular. Bilirəm cənabınız teoride çox maşallah yaxşısınız, amma yenə də. Ərz eləyim ki, sağ olun. Ərz eləyim ki, partilərin hamısı bunu üst-üstə qəbul ediblər. İkisindən sonra biri deyib gəlməyəcəyəm. Dötür Seyriqanıcı deyiblər ki, biz də içəridə eşikdə üzvlərimizdən danışacağıq. Sonra cavab verək, hala cavab verməyiblər. Amma sonra programı yazdıq, soruları yazdıq, göndərdik. Sonra da həftəlik hangi parti hangi gün gələcəkdir, günlərinəcən, saatlarınacən yazdıq. Birinci, ən başda Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisi tərəfindən gəldi. Sonra Əjdər bəy Təqizadə Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı tərəfindən gələcəkdilər. 6 gün gözlədik və heydə zəng elədik, mesaj qoyduq, falan gəlmədilər. Hər gün 10 mənfi aldılar bizdə, üst-üstə 60 mənfi alıblar. Bunu ki dedik, onu yaxşı Bu qədər puanı harda xərcləyəcəklər? Valla toplumda mən fikrim toplum xərcləyəcəkdir. Yəni mən o cür düşünürəm ki, toplum qəzavətində çünki siyasi hizblərin əgər bir qol qərar verirlər, məncə ona sayğı qoymasalar itirirlər hər şeyi. Onu mən o cür düşünürəm. Hər halda Salih bəy İldırım cənabları 6 cələsə cavab veribdi. 3 cələsə də bundan bu üzə buradan 9-cu cələsəni mən hazırlayıram, bu gecə yayacağam. İndi proqramdan əlavə sorulara cavab verirlər, göndərirlər. Mən də onları videoya çevirməyə çalışıram və yayıram. Bu 6 cələsənin hər 5-də milli ərdəmli əxlaq nömrəsi alıbdı məndən. Və bir danasında, çünki Günaz TV-ni nəqd eləyibdi, Günaz TV burada olmadığı üçün bir tarixi faktə işarə edib. Əlbəttə, mən də Əhməd bəy cənablarına yetirmişəm, hər vaxt istəsələr gələrlər, cavab verərlər, qəbul gəlməyiblər, cavab da verməyiblər. Amma ondan dolayı bir cələsədə fəqət ən ərdəmli olublar. Bizim, indi burada yenə də tozih verəcəyəm, cavab şamili. Bizim burada işləməyimiz xidmətinizə göndərmişəm bir çarçivəmiz var. O çarçivəni bir dəfə də burada oxuyayım icazənizlə. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubu, salamlar, sayğılar. Güney Azərbaycan Düşüncə Bağı otağına xoş gəlmisiniz. Düşüncə Bağının iş quralları belə olur. Əlif, İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. Sizdən soruları İnsafəli Hidayət soracaq. Sizlər İnsafəli Hidayətdən soru soramazsınız. Əgər vətəndaşlar, buradan indi bunu deyim ki, mən tərəfsiz deyiləm. Mən partilərin arasında tərəfsizəm. Mənim özümün bir siyasi düşüncəm var. O siyasi düşüncənin əsasında bir otaq yaratmışam, bir sorular qoymuşam, onları soruşuram. Təbii ki, mən tərəfdara, özüm bir tərəfəm, amma partilərin arasında 11 dənə, 12 dənə parti gələcəkdir. Heç birisindən tərəf çıxmayacağam və onun fikrini dəstəkləməyəcəyəm ya onun fikrini təbliğ eləməyəcəyəm. Əgər vətəndaşlardan qonu haqqında sorular gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilər və Hidayət o soruları sizlərə
yönəltir. Bəzi dostlarımız gəlirlər nömrə ilə, əhsiləri yoxdur, bəlli olmayan adlarla gəlirlər. Onlar nə cür də soru soruşsalar, onlara icazə vermirik soruşsunlar. Çünki biz bəlli olan adamlarla tərəfiq, bəlli adamlar Sayın Yunus bəy Şamili cənabları bəlli bir şəxsiyyət, bəlli özü ilə oturub burada danışırıq. Buna bəlli olmayan adamlara icazə verə bilmirik. Gələr ki, tohin eləyələr ya bəzi sözlər deyələr və qaçalar. Hər kəs təşkilatında olan yer ya mənsubiyyəti və soyadı ilə xitab olacaqdır. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturum 1 saat ya 5 saat sürsün. Əgər sorular və cavablar bir gündə 4 saatda bitməzsə, ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı günlərdə davam edəcəkdir. Soruların cavabı olduqca xülasə, müstəqim olmalıdır. Bunun təşxisi İnsafəli Hidayətə bağlıdır. Əgər parti mənsubları suala cavab verməkdən qaçınırsa, ya cavabda haşiyəyə gedirsə, İnsafəli Hidayət qonağın söhbətini kəsib, sorunu yenidən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, İnsafəli Hidayətin təşxisinə bağlıdır. Qonaqların sonki cavab haqqı var əlbəttə. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsiz, acı söz, pis sifətlər verilməyəcək. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir və mənfi sifət dilə gəlirsə, o fərd və təşkilata cavab haqqı veriləcək. Həmən birey ya təşkilatın haqqı var, aynı zamanda söz alıb cavab versin ya gələn oturumlarda huzur tapıb cavablasın. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən fərdlər və təşkilatdan əlavə İnsafəli Hidayətdir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa və bu şeylər, İnsafəli Hidayət o bireyi ya o təşkilatı həmən cələsə ya sonuncu iclasda cavab üçün dəvət edəcək. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzərə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, sayğılı və hörmətli sözlər ilə o bireyi və təşkilatın adını səsləndirəcəklər. Otaq başlanandan sonra dək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub elan olacaq. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu ərdəmli, əşadan başlayırıq. Ən ərdəmli ondan bir pillə üstü və milli ərdəmli sifətinə layiq görünüb topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtılacaqdır. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl ədəbli və siyasal sözlər ilə və xülasə olaraq tanıtmalarını rica edirəm. Buradan işimizin quralı idi, oxudum huzurunuza. İndi dostlar, bildiyiniz kimi mən bir dəfədə tanıdım. Bu günləri 3-cü partinin növbəsidir. O proqramdan ki qoymuşduq düşüncə bağına və Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi tərəfindən ADP xülasə hərflərindən yazılanda burada huzurlar var. Yunus bəy, cənabınızın özünüzü bir mərifə eləyin, partinin mövqeyini biraz mərifə eləyin ta xidmətinizdə olar. Buyurun. Yunus Şamiliyəm. Biraz yəni uzun tarixlə Azərbaycan və Türk xalqının məsələsi ilə məşğul olan birisiyəm. Və uzun zamandan bəri yəni yazmaqla, yəni fərqli dərgilərdə yazmaqla bu işlə məşğul olmuşam. Birinci dəfə Tribun dərgisini Ərzə bəy Ərdəbil ilə bərabər, yəni 2 redaktorlu bir dərgi kimi çıxartmışıq. 6 nömrə orada dərgidə çıxıb və orada
hər halda yalnız bizim yazılarımız deyil, bir dərgi fərqli yazıçıların yazısı və bizim amma hər nömrədə bir başlığımız olub, mənim və Ərzə bəyin. Ta 6 nömrəyəcən. Ondan sonra o Tribun dərgisi bəzi nədənlərə görə müntəqil oldu internetə. O zaman internet yoxdur biz onu yayanda. Sonra internet gəldi, geçdik internetə və bir uzun zamandan sonra da mən fərqli işlə devam etdim və indi yəni 20 ildən sonra, hətta 22 ildən sonra bəlkə Ərzə bəy Ərdəbili başqa bir qrupla o Yeni Şombe, yəni 7-ci nömrədən başladılar Cine Tribun dərgisini yaymağa. Orada fəaliyyət olmuşam. Ondan sonra 2000, bizim indi yetişib təşkilat mövzusuna. 2005-ci ildə Azərbaycan üzrə Azərbaycan Federal Demokrat Hərəkatı adında bir təşkilat yarandı. Sosial-demokratik bir ideolojisi vardı və federalizmi, demokrasi, cumhuriyyət və federalizmə İranda çalışırdı. Gözəl kadrları, mühüm kadrları vardı və qısa zamanda da biraz daha güclü kimi meydana gəldi. Amma bir sıra fəaliyyətlərdən sonra bəzi içəridə həm teorik nədənlərdən və bəzi rəftar nədənlərinə görə biz orada yəni 12 nəfər orada devam edə bilmədik. Yəni ki 12 nəfər də orada dərvaqa bizim Azərbaycan Federal Demokrat Hərəkatının motoru idi, yəni əməli gücü idi eyni halda. Bunu da deməliyəm ki, Azərbaycan Federal Demokratın hərəkatının qurucularındanam və iftixarım vardı ki, Ustad Fərzani ilə bərabər orada, yəni Ustad Fərzani də Azərbaycan Federal Demokrat Hərəkatının qurucularından biridir. Orada fəaliyyətə devam edək. Ərz olsun ki, 2005-ci ildə biz bir 12 nəfərlik tərkib oradan ayrıldıq. Azərbaycan Demokratik Birliyini devam etdik təşkilat kimi. İndi də o Azərbaycan Demokratik Birliyi idi, amma bir il bundan qabaq bəzi nədənlərə görə, o cümlədən biz Azərbaycan Demokratik Birliyi deyəndə xülasə adımızı birlik istifadə edirdik. Mərkəzi o tanınmış mərkəzi şəxsiyyətlərdən təxribat aparmaq üçün o birliyi İranın məsələn BBC-sində, İran Internationalında yavaş-yavaş bu mənaya təfsir edildi ki, bunlar təziyə tələb filan, ayrımcı filandırlar və istəyirlər İran, Azərbaycan ilə Azərbaycan Cumhuriyyəti birləşsinlər, ona görə adın birlik qoyublar filan. İlkinə belə bir şey və bəzən də bir başqa mədənlərdən ötürü də bu təşkilat qərar verdi ad dəyişməsinə və bir il bundan qabaq Azərbaycan Demokrat Partisi adı ilə hərəkatını devam edir. Orada mən Mərkəzi Komitəsinin müşavirləriyəm. Hiss edirəm ki, orada yaşlılara müşavirlikdən sonra başqa post verilmiş. Yəni siz orada yaşlısınız, qalanlar sizdən cavandılar, yoxsa necə? Hamısı bizdən cavandılar. Biz 3 nəfər orada müşavir komiteye mərkəzi və üçümüz də yaşlıyıq, bəli. Bəziləri də məndən də yaşlıdır. Ay Gökdür, Ziyan məsələn məndən də yaşlıdır. Gözəl, gözəl. Sizcə hizbin və təşkilatın anlamı nedir? Hizbin və təşkilatın anlamı özlüyündə toplumu organizə etmə. Yəni bir toplumsal hərəkətdə əgər organizasyon olmasa, ya organizə olmasa, yəni müəssir, müsbət, effektiv çalışması imkansızdır da. Yəni hər birey özünə çalışırsa, təbiətən elə bir sonuc verməz ki, sən organizə çalışırsan. Yəni bireylər yığışıb bir arada bir müəyyən organizm çərçivəsində sazman vermiş və örgütlənmiş fəaliyyətdə təbiətən çox müəssir, effektiv iş olur. Xüsusən yəni təşkilatın mənası da buradadır ki, toplumu organizə etmə vasitəsilə gəlişmə sürətini çoxaltsın. Bunun zərurəti hardandır? Nə zərurəti var, nə lüzumu var? Əlbəttə təşkilatın bünyəsində o baxış vardır. Zərurəti oradan qaynaqlanır ki, siyasi hizb
yalnız organize etmə məsələsi deyil. Onun arxasında bir düşüncə, bir idə, bir fəlsəfə yatır və o fəlsəfə, düşüncə, ideoloji vasitəsilə toplumda o ideolojik açıdan dəyişikliyə səbəb olmaq üçündür. Yəni, toplum, baxırsınız, insan tarixinə baxdığımızda gündən günə yeni idələrin doğulması ilə insanın həm yaşam tərzində və həm onun rifahında və həm düzgün yaşam tərzində təsir edibdir. Yəni, ona görə siyasi təşkilatın vücudu yalnız organize etmək deyil, bəlkə bir müəyyən fəlsəfə və baxış açısından organize edib və toplumu bir qədəm, bəlkə bir neçə qədəm önə götürmə qəsdi ilə özünə forum verir təşkilat və ona görə təşkilat yaranır. Tamam, bu amma zərurət hesab olmur. Yəni, məsələn, bunun zərurəti nədir? Yəni, mən bunu alanmadım, bunu cavab alamadım. Zərurət dediyində, yəni, indi bir də başqa bir məsələ meydana gəlir. Toplumsal hərəkətlərdə məsələyə fərqli fikirlər, fərqli siyasi təşkilatlar, yəni rəqabətlər meydana gəlir. O rəqabətlərdə əgər sən bir insan ya bir təşkilat müəyyən bir düşüncə əsasında toplumu dəyişmə üzrə çalışırsan və başqa təşkilatları o cəhətdə ki, sən düşünürsən, məsələ deyək, demokratik açıda getməkdə düşünürsən ki, başqalarından həm fərqli, həm yeni bir sözün, həm yeni bir idəm vardır. Təşkilatın doğuluş zərurəti onun düşüncəsindən qaynaqlanır. Yəni, yeni bir düşüncə ilə meydana gəlirsən və o yeni toplumun dəyişilməsinə, o yeni düşüncə əsasında bir təşkilatın qurulmasının zərurətini görürsən. Yəni, toplumda dəyişilmə zərurəti əsasında əməl etmək üçün yeni idəm varsa, o yeni idə ilə bir siyasi təşkilatın meydanda olursan ki, o zərurəti, yəni dəyişilmə zərurəti gerçəkləşdirəsən. Gözəl. Amacı nədir təşkilatın? Amacı toplumda dəyişikliklər və toplumu bugünkü durumdan bir ya bir neçə qədəm önə aparma və stabil dəyişim, ədalətpərvər bir sistemin yaranması və o sahədə toplumun rəhbərliyini, hidayətini öhdədar olmaq. Yəni, məsuliyyət hizbi deyəndə siyasi liderlik məsələsidir toplumda. Yəni, bir fərdin deyil, bəlkə keçmiş çağlarda, feodal dövründə, burjuazi sistemindən qabaqda ümumiyyətdə rəhbərlər və liderlər bir şəxslərdən, bireylərdən təşkil olurdu və məsələ bir xan olurdu, ya bir kölə olurdu, ya kim olurdu. Yəni, siyasi camiədə və ya camiənin dəyişikliyi o rəhbərlər karismatik rollarla o meydanda bir dəyişikliyə səbəb olurdular. Amma modern camiədə, yəni burjuazi sistemi əyləşəndən sonra və toplumsal hərəkətlərin meydana gələndən sonra toplumsal liderlik, yəni cəmi liderlik məsələsi meydana gəlir və orada bu hizbiyyət və təşkilat ortamı mövzuyu bəhs olur. Bu təşkilatlar toplumun ehtiyaclarına dayanaraq müəyyən bir müşəxxəs, qabaqcadan təyin olmuş, müəyyən analiz əsasında təyin olmuş hədəflərə getmək üçün siyasi hərəkət, yəni siyasi və müəyyən təşkilatın qurulması və onun əsasında hərəkət edilmə zərurəti meydana gəlir. Nə bilim, bilmirəm nə qədər başa düşülür, amma hər halda. Yox, mən kamilən başa düşdüm. Bəzi kəlmələr tərifinizdə işlədirsiniz. Kəlmələr özləri tərif olmalıdır ki, tərif açılsın. Amma mən indi onları düzgün axtarsınız, yadımdan çıxdı. Amma biri onlardan ki, yap əvvəldə işlədiniz, toplumu önə götürmək. Bu önü kim tərif edir ki, öndür? Məsələn, Hizb-i Pan-İranist İranda düzəlibdir. Əcəba o toplumu önə götürübdür. Ya məsələn, məzhəbilər əcəba önə götürə bilir, təşkilatlanırlar da. Ya, yəni önü kim tərif edir? Və nə cür, hangi metrlə ölçür ki, mən dünənə görə ya bu günə görə məsələn 1 metr önə gedirəm? Gözəl bir sualdır, çox gözəl bir sualdır. Bildiyiniz kimi, mahiyyət baxımından siyasi güclərin bugünkü toplumda, hər toplumda, yalnız İran deyil,
dünya üzrə tamam ölkələrdə belə bir məsələ vardır. Yəni siyasi güclər, yəni konservativ, mühafizəkar güclər, yəni toplum necədirsə o cür saxlasınlar. Orta güclər, yəni biraz konservativ, biraz modern və sonra kəsimin bir bölümü isə mövcud durumu, mövcud kültürü dəyişib yeni kültür, yeni mədəniyyət və yeniləşməyə tərəfdar olmaq. Amma bunun meyarı nədir deyə biz nə bilə bilərik, ulan hansı filandır. İndi biz oturanda bugün dünyada bir müəyyən dəyərlər rəsmiyyət tapmış və dünyada o dəyərlər qəbul olmuşdur. Məsələn, deyək ki, yəni, insan haqları bəyannaməsi bugün bir dünya dəyəri kimi qəbul olmuşdur. Hərəkətləri ki, bugün, məsələn, yalnız o deyildi. Yəni, çox sahələrdə bu yeni dəyərlər təsbit olunmuş və dünya dəyəri kimi bugün beynəlxalq və ya uluslararası hüquqda rəsmiyyəti tanınmış faktorlar və dəyərlərdilər. Hər hərəkət ki, siyasi hərəkət ki, özlərin o yəni uluslararası dəyərlərlə uyğun özün aparırsa, daha modern, daha müasir və daha demokratikdir. O dəyərlərdən uzaq qalırsa, nə qədər uzaq qalırsa, nə qədər o dəyərlərlə ziddiyyətə qalxırsa, o qədər o siyasi cərəyanlar mühafizəkar, geriyə qalmış və filan. Sizin də məsələ ad çəkdiyiniz İranı pan-İranistlər. Pan-İranistlər məsələ baxdığımızda bugünkü uluslararası dəyərlər, məsələn insan haqları bəyannaməsi dəyərçəyində orada və ya başqa qətnamələr ki, dünyada qəbul olubdur, o adını çəkdiyiniz qrup çoxlu bu dünyada tanınmış beynəlxalq alanda hüquqları rəsmiyyətə tanımır. Məsələn, orada bir qətnamə var, təsdiq olubdur. Birləşmiş Millətlərin yerel xalqların özləri idarə etmə haqqı məsələ qətnaməsində. Orada deyir ki, o qətnamədə kəsinliklə aydınlaşdırır ki, yerel xalqlar, yəni bir bölgədə, müəyyən bölgədə kompakt yaşayan bir müəyyən xalq, etnik ya etnomillət yaşayırsa, öz bölgəsini idarə etmə haqqına malikdir. Yəni, bunun adı beynəlxalq alanda hüquq məsələsində cəmi həqlərdir. Yəni, bugün beynəlxalq alanda hüquqlar iki yerə bölünür. Fərdi haqq hüquq, bir də cəmi hüquq. Bugün, məsələ, şovinist, irticai və ya mühafizəkar cərəyanlar zahirdə o fərdi həqlərdən, məsələn, insan haqları bəyannaməsi ümumiyyətlə fərdi həqlərin əsasında qurulan bir bəyannamədir. Daha çox onlara söykənərək geçinirlər və beynəlxalq alanda ya uluslararası hüququn o bölümləri ki, cəmi həqlərə rəsmiyyət verirlər, onlardan qaçınırlar. O vasitələ bilmək olar ki, bu güclər, bu siyasi güclər, məsələn, deyək, pan-İranist gücü, əlbəttə, onun başqa faktorları var. Mən istəyirəm yalnız beynəlxalq alanda hüquqla müqayisə edeyim. Ora müqayisə edeyim, görürəm ki, onlar cəmi hüququ toplumda qəbul etməzlər və çox ona qarşı durarlar və hətta bir ziddiyyət daşıyarlar onun öz içlərində. Məsələn, İranın öz içində baxanda, İranda bir neçə milliyyətli ya kəsirülmillə bir ölkədir. Məsələn, kəsirülmillə ölkənin özəlliyi, yəni bir neçə millətin bir ölkədə yaşamağını halen bu həman pan-İranist və ya bu türlü qrupların o toplumun gerçəyini qəbul eləmədə çox-çox çətinlik çəkirlər və ya qəbul etmirlər və hətta ona ziddiyyət dururlar. Ona görə o qruplar əmələn toplumun mühafizəkar, geriyə qalmış, dini deyirlər, amma sekulər, amma geriyə qalmış kəsimləridirlər. Onlara ya nasyonalistlər, ya ifrati nasyonalistlər, ya şovinistlər, ya faşistlər və onların da özlərinə görə müəyyən adları vardır. Sağ olun. Sizin söhbətlərinizdə çoxlu kəlmələr var ki, bunlar sizə tərif olsun. Bunda yetişməyəcək. Mən çalışıram ki, bəzilərin bunların gələcəkdə də tərif olacaqlar, ona görə. Amma zehnlərdə. Siz buyurdunuz ki, bir təşkilat beynəlmiləl haqlar üzərinə, ya müqavilələr üzərinə bu qəbul edirsə, o öncüldür, o qabağa gedəndir. Ya deyək ki, sizin dəstəbəndinizdə mühafizəkar da deyir, ortada da deyir. Onlar biraz radikal da deyə bilmirik. Nə mənə deyirik bunlara? Demokratik güclər bugünkü mövcud qəbul olmuş uluslararası dəyərləri qəbul edib bu əsasda hərəkətin sazman verirlər. Mənim sualım elə orada idi. Mənim sualım elə dəqiqən oradadır ki,
bu uluslararası demokratik sorular, məsələn 100 ildən sonra görək ki, bunlar hamısı brainwash bir şeymişlər. Bu ki biz məsələn Batı ölkələrin mənafii yolunda təşkilatlanaq. Bunu necə düşünürsünüz? Sizin sualınız, yəni gerçəklərlə əlaqəsi yoxdur. Yəni biz müəyyən şəraitdə danışırıq. Bu günün şəraiti nədirsə, ona danışa bilərik. Amma gələcəkdə məsələn 50 ildən sonra, 30 ildən sonra, 40 ildən sonra nə olacaqdır deyə bizim bu gün oturub danışmamız, yəni gerçəkçi bir danışıq olmaz. Yox, o cürsü yox. Yəni bu günləri biz bir dana parti ya bir siyasi gələcəyi görməlidir. Yəni bir strateji xüsusən gələcəyi görməlidir və gələcək üçün qəzavət eləməlidir ki, mən buradan bura aparıram bu toplumu. Bu toplum orada məsələn hara xidmət eləyəcəkdir ya haranın amaçlarının üstündə. Biz bilirik ki, tamam idələr, siyasi idələr, ideolojik idələr, fəlsəfi baxışlar bir amaca xidmət edir, bir millətə xidmət edir ki, o fəlsəfəni yaradıbdır. Məsələn, əcəba məsələn 100 ildən, məsələn komünizm, sosializm, hər nə adını desək Avropada gəldi, Rusiyada gəldi, getdim, gördük də ki, zərər vurdu, insanlar da çox sevirdilər. Yəni bəlkə demokratik də hətta bilirdilər, çoxları hətta demokratikdən də üstə bilirdilər, Batının demokrasisini qəbul eləmirdilər. Əcəba məsələn belə bir öngörü vardı ki, bu məsələn beynəlmiləl təşkilatlar, məsələn misal bıraq indi Filistində, Qəzzədə gedir daha. Görürük ki, məsələn o hüquq ki beynəlmiləldə əslən orada işləmir məsələn. Əcəba məsələn biz 150 ildən sonra görək ki, biz bir dana bir çalıya düşmüşük ki, fikir edirdik bu yol deyil, amma bizim yolumuz deyilmiş, bizim millətimiz üçün deyilmiş, bir başqa millətin imiş, bizim də amaçlarımız ona gedib xidmət edir. İşlərimiz üstə. Yəni diqqət edin, qoyun mən bir əsas bir söz deyim, ondan sonra onun üstündən bəhsimiz devam etsək daha yaxşı olur. Baxın, dünyada bəşəriyyətə ədalət dediyində ya bərabərlik dediyində iki türlü bərabərlik var. Bir, mevcut resurs, yəni iqtisadi, mali, finansial resurslar bərabər bölünsün deyə xalqlar arasında, insanlar arasında, yəni ekonomi bərabərliyi olsun. Yəni o sosializm deyirlər ha, o sosializm, o idə əməl olanlardan danışmır, idəsindən danışır. Dünyada finans ya mali güclər olmayaydı, yəni paralel bu güc tamam xalqlara, tamam ölkələrə lazımi olan qədər bölünəydi. Onda onun adın bərabərlik qoymaq olardı. Çünki əsas məsələ, üzr istəyirəm. Tamam, iradə yoxdur. Əsas məsələ iqtisadi bərabərlik, əsas bərabərlik iqtisadi mali bərabərlikdir. Yəni o olmayınca, yəni əsas bərabərlik olmayacaqdır. Ona görə ki, bir tərəfdə mali güclər, finansial güclər yaşayıb, o kompaniyar dünyaya qərar verən mövqeydədirlər indi. İnci ikinci ədalət söhbəti gələndə burjuvai ədalətdir. Yəni, yeni çağda qurulan devlətlərin yapısı, anayasa yapısı sərmayanın azadlığını rəsmiyyətə tanıyıb, amma onun çərçivəsində bir hüquq, bir anayasa, bir hüquq rəsmiyyətə tanır, hamıdan istəyir bir ölkədəki o hüquq, o qanun əsasında əməl eləsinlər. Qanun əsasında əməl eləməyə ədalət deyilir indi bu gün. Amma gerçək ədalət ki, onun adını qoyaq, bərabərlik bu deyil. Yəni, bu ikisini bir-birindən ayırmalıyıq. Ona görə biz indi bir burjuvai toplumda danışırıq. Yəni, o ədalət için söhbət edirik, ədalət iqtisadi, yəni mevcut iqtisadi resurslar dünyaya bərabər bölünmüş bir durumda deyirik. Yəni, yalnız istədim bunu deyim ki, yəni bir kök bərabərlik var, bir hüquqi bərabərlik var. Bugün biz o kök bərabərlik, yəni iqtisadi cəhətdən bərabərlik mövzu söz konusu deyil yəni dünyada. Biz də bilirik, bəzi ölkələr güclü, bəzi sərmayalar çox-çox güclü və dünyaya qərar verici durumdadırlar. Ona görə orada bir dana çox ciddi nabərabərlik və ədalətsizlik yerindədir qalır və o cəhətdən o nə cür həll olacaq deyə onu sonra bir ekonomi mövzusunda danışmaq olar. İndi ikinci ədalətdən danışırıq. İkinci ədalət formu, yəni burjuvai dövrün formunda demokrasinin meydana gəlməsidir. Yəni o demokrasidə xalq meydana gəlir, nümayəndə seçir,
o nümayəndələr oturub qanun yazırlar. Çünki toplumun fərqli kəsimindən gəlirlər, yığışılırdı, qanun yazırlar. O qanun sərmayənin azadlığını rəsmiyyətə tanıyır. Yəni onu qısıtlama filan söhbəti yoxdur orada. Amma müəyyən bir qanun çərçivəsində yəni irəliləməsin ayarlayır. O qanundan hamı bərabərcə hüquq bəhrəməndi olursalar ona demokrasi. Bu gün onlar demokrasidir. Yəni demokrasilərdə o adın çəkdiyim kök, yəni iqtisadi bərabərlik söz konusu deyil. Qanun qarşısında bərabərlik söz konusu. Tamam. Kamilən düşündüm. Etnomillət nə deməkdir? Bizim biraz qarmaşıq ədəbiyyat işlənir bizimkilərin və mərkəzçilərin və bunların dilində. Məsələ deyəndə biz deyəndə ki, Türk milləti, Kürt milləti, onlar deyirlər, yox, Türk milləti, Kürt milləti yoxdur. İran milləti vardır. Bir millət var, İran milləti. Burada onlar onu deyirlər, orada da bir həqiqət var. Onun ki biz deyirik, onda da bir həqiqət var. Bu cür mövcud siyasi ya da beynəlxalq alanda, yəni uluslararası ədəbiyyatda bir devlətin müəyyən bir siyasi coğrafiyada bir devlətin hakimiyyəti quranda ora millət deyilir. Bizdəki bir etnomil, yəni etnikə dayanaraq millətə biz də millət deyirik. Bu ikimiz millət etnik nə olur? Yəni etnik özü nədir? Etnik özü nədir? İndi onu deyəcəm. Qoy bunu yığışdırın, bu qəşəng bir söhbətdir. Buyurun. Biz deyəndə millət, onlar deyəndə millət, o deyir millət deyəndə, baxın bir dövlət millət var. Yəni onlar ki, mərkəzçilər deyəndə millət, yəni dövlət milləti qəsd edirlər. Ki xülasəsi millət deyirlər. Onu da deyəcəm, niyə millət sözü işlənir? Onun da bir daha tarix var. Bizlər ki, etnik, milliyyət filan hüququndan müdafiə edirik. Türk xalqının məsələn hüququndan müdafiə edirik. Biz dövlət millətdən danışmırıq. Türklər dövlət millət olmayıblar ki. Türklər bir millətdirlər. Nə milləti? Etno millət. Yəni etnisitiyətə dayanan etnisitiyet mahiyyətində dövlət. O dövlət mahiyyətində millətdir. Yəni dövlət də adını deyil millət. Biz etnosuq adımızı qoyuruq millət. Yəni illəti də millət kəlməsini işlətmədə hüquqi açıdan pozisyon qazanmaqdır. Yəni sən bir siyasi milli mücadilədəsən, nə qədər qovmiyyət səviyyəsində qalırsansa, onun siyasi haqqı dövlət qurmağa əldə olunur. Amma o qovmiyyət ya etnik, yəni farsça qovmiyyət işlədirlər, gözəl bir kəlmə deyil, ona görə yavaş-yavaş indi də etnik işlədilər onlar. Yəni qovmiyyət az işlədir, çox sağçıları qovmiyyət işlədir, orta qrupları, mərkəz qrupları etnik işlədir. Etnik pis söz deyildir. Amma bizimki etno-millət dediyimizdə, yəni etnik ki, millət olmağa təmayül göstərir içində. Bir təmayül siyasi var içində. Ona görə etno-millət sözü bizim durumumuzda olan şəraitdə millətlərə daha doğru kəlmədir. Yəni millət bir məniyə dövlət millət deyil. Etnik də deyil, bəlkə etnomillət, yəni etnik ki, millət olmağa qərar vermiş bir durumdadır. Yəni siz onda milləti bir siyasi, siz onda cənabınız milləti, yəni təşkilat milləti bir siyasi varlıq bilir ki, dövlət qurulanda millətə çevrilir, ya ki, millət əsasdır, dövlət onun üstünə qurulur. Hangisi? Bir dəfə də sualı ver, mənə telefon gəldi. Tamam. Sizin bu fərmayişinizə baxanda, əcəba millət əsaslı dövlət onun üstünə qurulur, yəni dövlət, deyək ki, bir ərəzdir, gəlir cəvhərin üstünə, millət cəvhərdə əslidir, o dövlət bundan doğulan bir şeydir, bunun iradəsidir. Bir də var ki, o etno-millət deyəndə, yəni ki, bu millət deyil, etnikdir. Əlbəttə, etnikin mənasını soruşacağım cənabınızdan. Sırf, yəni, mən bilirəm, amma insanlarımız da bilsinlər. Etnik deyəndə millət deyil, bu bir etnikdir. İradə edir ki, millətliğə geçsin. Siz belə bunların hangisini görürsünüz? Siz deyənlərin ikisi də bir sözdülər. Bir devlət, bir millətin varlığına qurulur. Əvvəl millətdir, hakimiyyətə iradə etdiyində bir devlət qurulur. Yəni, heç bir devlət qurulmaz üçün millətlər olsun. Yəni, mənasızdır. Devlət
bir millətin egemenliğini sağlayan bir varlıqdır. Yəni əvvəl millət olmaq lazımdır. Onun hakimiyyətini sağlamaq, yəni devlətin qurmağıdır. Yaxşı, indi bu gün dövlətlərdə o əsasda qurulublar, amma necə qurulublar, fərqli qurulublar, danışmağımız lazımdır. Burada biz etnomillət dediyimizdə, yəni devlət olmayıb da, biz devlət dəyilik içində hələ Azərbaycanda deyə. Biz etnomillətik, yəni etnik ki, devlət olmaya təmayülü və göstərir. Siyasi fəaliyyət içində və partiya düzəltmişik. Milli hərəkatımız var. Milli hərəkat nə deməkdir? Biz yaşadığımız bölgədə ana və milli vətən tanıdığımız topraklarda dövlət qurma iradəsinə sahib olmuşuq və ona çalışırıq. Devlət qurulan anıdan da biz onda deyəcək, məsələn, bilirsiniz, mən burada bir dana müşkülə rast gəlirəm da, Cənab Şamili, bir dana müşkülə rast gəlirəm. Etno ilə millət iki dana mütəzadlı bir şeydir. Hətta bir-biriyle düşmən, onun üçün siz qovum işlətmirsiniz. Qovumun biraz xarici adıdır. Xarici adıdır, insanlar məsələn bilməsinlər ki, biz nə deyirik. Vaqiyyət budur ki, qovum sözünün ingiliscəsidir, ya latincəsidir. Amma indi burada millət ya millətdir, ya qovumdur. Yəni, ola bilər ki, məsələn, millət dövlətsiz ola bilər. İndi Sazıman-ı Millədə də dövlətsiz millətlər təşkilatı qurulur məsələn. Amma bu şey deyil, yəni dövlət olmaq millət olmaqla fərqlidir. Biz teorik tövzihatımızda, danışığımızda tərəf ki eşidir bizim sözümüzü, bizim sözümüzdə nə qədər şəffafiyyət və dəqiqlik olursa, o qədər bizim teorimiz onun beynində yaxşı oturar. Bu qəsd cədəli, məsələn, sözlərin cədəl və savaşını salmaq istəmirik. Bəlkə istədiyimizi tərəfi anlatmaq istəyirik. Yəni, bizim sözümüzü işdən anlasın ki, nədən danışırıq. Baxın, indi bu gün dünya şeyində, qoy burada bizə izah edim. Dünya siyasi ədəbiyyatında bir devlət millətə, ki, bilən millət, devlət qurub, ona deyirlər, o dövlətin adını deyirlər, millət-i İran məsələn, millət-i Amerika. Bu məqsud etnomillət deyil, bu etnomilləti ki, devlətin qrupdur. Yəni, qrup dövlətin, yəni qrup dövlət var. Montan, niyə bunlara millət dedilər? Yəni, xülasəsi dövlət olmadı, millət oldu. Millət Amerika, millət İran. Dövlətlər qurulan, birinci aşamada dövlətlər qurulanda, İnqilab Fransızdan sonra bir millətin dövləti quruldu. Yəni, dedilər ki, bax, bu Frankların dövlətidir. Bu Almanlıların dövlət millət quruldu. Yəni, bir şovinisti modeli vardı. Bir ifradi nasyonalizm modeli vardı. Hətta bu dövlətlər qurulan, yəni bu klasik yeni model dövlət qurulmadı. Yəni, bir millət o dövlətin quruldu. Məsələn, Türkiyədə türklər dövlət qurdular. Amma Avropada və Amerikada dövlətlər bu əsasda quruldular. Ələlsuz Avropadan danışırıq. Bu əsasda bu Amerikanın dövləti, bu İngilisin dövləti, bu Almanın dövləti, bu filan. Bunlar nə oldu ki? Bir dənə demokratik yapısı yoxdur bunun. Çünki məsələ deyək, Almanda fəqət Almanlılar yaşayırlar, Fransada fəqət Franklar yaşayırlar. Ya başqa məsələn yerlərdə, İspaniyada fəqət İspanyollar yaşayırlar, deyil. Hər yer çeşidli formada yaşayırlar. Amma onlar o ölkədən bir milləti seçib, onun əsasında dövlət qurdular. Yəni, onda oldu o klasik, sən demən deyim, klasik dövlət modeli, bir millət, bir dövlət. İranda da yeni məşrutiyyət devrinə gələndə elə bu model istifadə elədilər. Atatürk də dəqiqən bu model istifadə elədi. Bir dövlət, bir millət, Türk millətin əsasında dövlət qurdu Türkiyədə. İranda da farslığın üstündə dövlət qurdular. Amma Avropada İkinci Dünya Savaşından sonra yəni bu Birləşmiş Millətləri yaranmaq, ondan sonra yavaş-yavaş yeni reformların yazılması, mesela dünya üzrə insan haqları, uşaq haqları, qadın haqları filan, bu reformlar yavaş-yavaş reformlardılar ki, gəldi bu reformlar dövlətlər, Avropa dövlətləri bu reformları qəbul elədilər. Əqəlliyyətlər tanımırdı, bir dənə konvansiyon yazıldı, əqəlliyyət, konvansiyon üçün hüquq əqəlliyyət, bu dövlətlər Avropada o hüquq əqəlliyyəti rəsmiyyəti gətirilib məclisdə təsvib elədilər, qanun oldu və əqəlliyyətlərin hüquq rəayət oldu. Sonra hüquq cəmini yazdılar, bu konvansiyon ki, adını çəkdim, məsələn, yerel xalqların öz idarə haqqını
təsvib elədilər. Yəni, Birləşmiş Millətlər təsvib oldu. Sonra bunlar gəldilər dövlətlər məclislərində təsvib elədilər. O xalqlar ki, öz bölgələri vardı, o bölgələrdə onların idarə etmə haqqını verdilər. Məsələn, Sueddə bir balaca bir millət var. Sami adında, etno millət var. Deyək ki, etno millət var. Sami adında. Məsələn, 20 min nəfərdilər burada. 8 min nəfərin haqqı var rəy versin. Amma onlar Suedin şimalında bir bölgədə yaşayırlar. O qanun əsasında orada öz bölgələrini idarə etmə haqqını aldılar. Yəni, nə oldu? Bunlar dövlət millətdən Avropada yavaş-yavaş bu reformları qəbul eləməklə demokratik bir dövlətə çevrildilər. Elə bir demokratik dövlətə çevrildilər ki, məsələn, İngilisləndə Rishi Sunak bir Hindistanlı adam qərə dərili Britaniya imperializminin başbaxanı olur. Məsələn, Norveçdə bir dənə İranlı rəisi məclis olur. Sueddə neçə dənə həm Türk vəzir var, həm İranlı baxan ya vəzir var. Yəni, bunlar mahiyyətləri bir dövlət millətdən demokratik dövlətə çevirdilər. Halbuki, qoyun cümləmi buranı qutarım. Amma Türkiyədə var, Türkiyə gələk. Çünki Türkiyə demokratik, İran xaric mövzulardan hələ yetişməyib ora. Türkiyədə də klasik demokrasi quruldu Atatürk'ün vasitəsilə. Amma o klasik demokrasi bu yeni reformları o cür lazım idi qəbul eləməməyədiyinə görə bu gün o lazımi demokratik bir yapıya sahib deyil halən. Çünki o irəliləmədi Avropa dövlətləri kimi o reformları qəbul eləmədi. Bu vəziyyətdir. Yəni, indi burada iki dənə sözdən danışdıq. Bir dövlət millətlərdən, bir də demokratik dövlətlərdən mövcud şəraitə görə ki, Avropada var. Təşəkkür edirəm. Mən ərz elədim, şeyə düşürəm. İndi bu etno millət deyəndə öz içində bir paradoksla müvacih olur. Etno və millət. Bunlar ikisi, yəni ikisinin arasında bilmir ki, hansısıdır. Mən beləsi düşünürəm. İkinci söz ki, istəyirəm ərz eləyəm, budur ki, Kanadada 2 dənə millət var, rəsmi olaraq. Bir French, İngilis, Fransa dilli, bir də İngilis dilli. Amma buranın yerel insanları var, çoxlu, orada-burada 3000, 5000 qalanları, diri qalanları var biraz orada-burada. Bilirsiniz, bunların hamısına və ha belə Kanadada 12 dənə iyalət var. 13 dənə dövlət var. Bilirsiniz, bu iyalətlər, dövlətlər. Burada etnik işlətmir. Burada deyir ki, nations, yəni millətlər. Yəni demir Fransa milləti fəqət ya İngilis milləti. Deyir ki, burada millətlər yaşırlar və millətlər olaraq o kiçik yerləri də qəbul edir. Hətta bu qanunun əsasına mümkündür, məsələn deyirəm, mən bugün geçsəm Anayasa məhkəməsinə desəm ki, mən Azərbaycan türkləri ya, türklər ki vardılar, bunlar bir millətdilər, ehtimalən Anayasa bizi bir millət olaraq qəbul eləyəcəkdir Kanadada. İndi feylən burada məsələn deyir ki, görünməzlər, görünənlər, azlıqlar işlədir, əqəlliyyət işlədir, əqəlliyyət sözü işlədir. Yəni şey işlətmir. Məsələn deyir ki, məsələn deyirəm, məsələn fələklər. Fələklər bir azlıqdır. Deyir ki, bunlar görünür ya görünmür. Yəni toplumda bunları adam hesablırlar, sayırlar filan. Fələklər? Məsələn fələklər misal vururam. Ya məsələn deyək ki, nə bilim, təsadüf eləyiblər məsələn, brain müşküllər var, beyin müşküllər var. Məsələn, bunlar azlıq hesab olurlar. Ya məsələn, nə bəzi cürsü da. Yəni İcazə ver, mən bir şey tozif verim burada. Baxın, azınlığın özünə bir başqa tərif var. Azınlıq adın çəkdiyində ki, məsələ məlullar deyək də, əngəlli deyirlər türkçədə, əngəllilərə. Və ya başqa formada, məsələn, deyək bu, etno millət formunda. Əgərsə bunlar kompakt formada bir bölgədə, yəni etno millət əsasında deyirəm, kompakt formunda bir bölgədə yaşamırlarsa, onlar azınlıq hesab olarlar. Yəni, 2 dənə burada məsələ vardı. Yəni, ələl-xüsus bu millətlərin haqqında. Kompakt formada, indi biz nə üçün, məsələn, Azərbaycanda türklər yaşayırlar kompakt formada? Bu nə demək yəni? Bu da əqəlliyyət deyil. Bu beynəlxalq alanda və ya uluslararası hüquqda
əqəlliyyət sayılmaz. Əqəlliyyət odur ki, məsələ deyək, Şirmanda məsələn bir neçə dana türk var. Ya 1000 nəfər, 5000 nəfər, 3000 nəfər, amma xalq Şirmanlıların içində yaşayır. Ya Təbrizdə məsələn farslar vardılar. Məsələn 500 karmətlə gəlib yaşayırlar orada, amma qalıblar, yaşayırlar, qalırlar orada, amma onlar əqəlliyyətdə, o Təbrizdə danışır. Yəni kompakt formu olmayan yerdə əqəlliyyət mənə tapır, amma kompakt formda bir xalq bir yerdə yaşayırsa, o yəni uluslararası hüquqda beynəlxalq tanınmır. Yəni əqəlliyyət sayılmaz. Onu amma İranda sağçılar, o şovinistlər onu əqəlliyyət saymağa çalışırlar. Mən də cənabınızın tərifinə görə bu misalı gətirdim ki, Kanadada əqəlliyyət demir, millətlər deyir. Yəni əslən azlıq da olsa, azlıq dedim, çox o iş azlıqları ya bədən azlıqları, müşkilləri olanlarda məsələn. Bunlarda işlən. Yəni nation söz işlədir hər kəsə. Nations işlədir, cəminən işlədir, millətlər. Axı üçün onu mən bir söz deyəməyəcəm dəqiq. Yəni etno işləmir. İstəyirəm bunu deyəm ki, etno kəlməsinin, etnik kəlməsinin anayasada işlətmir. Deyir ki, Kanada millətlərdən ibarətdir. Demir ki, məsələn Əfqanistanda məsələn, Əfqanistanda bir dənə yaxşı iş görüb bu qanuni əsası ki yazıblar federal Əfqanistanda. Orada deyir ki, Əfqanistan tərif edir Əfqan. İbarətdir Pəştundan, filandan 10 danasına girişməni ya 8 danasını sayır. Sonra deyir ki, və olar ki biz adların gətirmədik burada, yaddan çıxartmış olsaq, onlar da millət hesab olur. Baxın, orada hətta Əfqanistanda millət deyir, əqəlliyyət ya etno millət demir. Çünki burada, indi mən sualım sizdən dəqiqən budur. Etno millət özü içində bir çələşki ilə, bir çatışmamazlıqla üzbəyüzü. Bir etno var, bir millət var. Baxın, əvvəla etno millət sözünü bizim çox tanınmış bir sosiologumuz var Türkiyədə təhsilatını alıb sahəsi də bu sahədir. Etnomillət sözünü mən ondan araya almışam. Yəni bir təxəssüsü bir dənə sözdür. Yəni mənim icad eləməyim söz deyil. Ona görə onu mən təşxis vermişəm ki, bu kəlmə, bu mövzunu izah etməkdə dəqiqdir. Çünki biz o şöbədəbazlıq ki var İranda mərkəzçilərin tərəfindən ki, biz nədən danışırıq? Yəni millət deməyək, xalis millət dedin, çağır, deyir ki, gör siyasət aləmində milləti nə deyirlər, baxsın görürsən ki, millət, dövlət, millətlərə də millət deyirlər. Onda deyir ki, tamam, dövlət millətlərə də millət deyirlər. İran milləti, American Nation, məsələn, ya Kanada. Ya bu dövlətlərə də nation deyirlər. Etnolara da nation deyirsən, onda biri uzaqdan qulağında qarışdıracaq ki, bu nədən danışırlar? Üzr istəyirəm. Yenə burada bir... Ona görə mən qərar vermişəm ki, danışanda dövlət millətlər mənzurunda deyim, dövlət millət, millət üçün dövlət millət kimi. Millət deyəndə etnomillət, yəni millət som yəni üzr istəyirəm, millət etnomillət kimi, millət dövlət millət kimi. Yəni bu millət deyəndə bilaq ki, dövlət millətdən danışırıq ya bir millətdən danışırıq. Mən özüm təşxisində vermişəm ki, bunu dəqiq tərəf bilsin biz nə deyirik. Tamam. Bu qədər. Mən İnsafərli Hidayət olaraq anlayıram nə buyurursunuz, amma bir çəlişkiyə düşürəm, çatışmamazlığa düşürəm o məfhumdan. Yəni başlatıram nə buyurursunuz. Yəni sizin məfhumunuzu kamilən anlayıram. Bilirəm də ki, pan-İranistləri hədəfə qoyursunuz ki, onlar anladasınız, onlara ki, nə danışırsınız. Məni nəzərdə almırsınız. Fəqət bir daha da bir balaca açıqlama gətirim burada. Bu sözü deməklə, yəni etno-millət sözü deməklə, etno-iki təmayül millətə var, yəni millət olmaq istəyir. Yəni biz milləti orada işlətmişik. Dər eyni hal, onlar da ki, çalışırlar ki, təhrif eləsinlər, desinlər, bunlar millətin mənasını bilmirlər, onların da cavabını vermişik. Yəni bizim bəhsimizə qulaq asan, dəqiq biləcək ki, burada bu milləti təmayül və dövlət sazısı var, yəni bizə baxanda, amma dövlət olmayıb hələ, o danışan söz odur ki, dövlət olub hələ, yəni dövlətdir, amma bu gedir ki, dövlət olsun.
Can Şamili, mən əgər iştibah eləməsəm, məsələn demirlər Amerika dövləti, deyirlər ki, American State, nation işlətmirlər orada. American State, əslən şey işlətməzlər. Dövlət İranda bu dövlət və millət sözü taza sözdür. Məşrutədən 10-15 il qabaqdan yaralanıbdır. İndiyəcən işlədirlər. Hələ də filosofları bunun üstünə danışırlar. Amma bu ədəbiyyat İrana dəxli yoxdur. Bu ədəbiyyat Avropada yaranan ədəbiyyatdır. Onlar alırlar hər kəs öz mənfəəti cəhətində işlədən bir faktordur. Yəni o deyir ki, İranda ədəbiyyat siyasət yaranmayıb. Bunlar buradan özlərinə nə cür mənfəət qazanırlar, onu götürüb istifadə edirlər. Əhsən. İndi burada Avropada, Amerikada, Kanadada filan bunlarda state işlədirlər, nation işlətmirlər. Məsələn United Nations var, yəni Birləşmiş Millətlər. Amma məsələn Amerikada demir ki United Nation. Elə odur da, baxın United Nation deyəndə dərvaqa United Nation ki deyil, United State'dir da o. Dövlətlərin birləşməsidir. Orada dövlətləri, amma burada indi diqqət Amerika özünə demir ki nation. Mən də istəyirəm bunu ərz edim. Amerika özünə yetişəndə demir ki mən şeyəm, nationam. Deyir ki state, United State. Diqqət edin, siz bir hayatı misal vurdunuz. Dediniz dövlət. Ki, bakın siz öz hayatı misal dedin. Yəni sazmanın milləri nə deyir? Orada nation işlədir da. Bəli, işlədir. Sazmanlar. Yəni orada tamam dövlətlər qəbul edirlər ki, bir nation kimi oradadılar. Halbuki onlar nation kimi deyil, bir dövlət kimi oradadılar. Mümkündür kimi oradadılar. Mümkündür dəqiqən mümkündür bir daha məsələn, əgər demokrat dövlət olsa, oranın nation'in nümayəndəlik edir. Amma antidemokrat bir dövlət olursa, orada millətin nümayəndəlik eləmir, amma nation kimi oradadır. Yəni istəyirəm deyim ki, dünya ədəbiyyatında, farklı İngilis ədəbiyyatında nation dövlətə işlənir. Baxın, həmin sazmanlarının İngilisi adına baxın. United Nations. Yerlərdə fəqət sazmanlarında. Mən onun misal verdim ki, özünü də görəsən ki, pisi sazmanlardır ki, tamam dövlətlər orada bir yerdə qəbul edilir ki, bu nation'dir da. Ən pisi o deyil. Nation'dir. Amma eyni halda özlərinə heç vaxt demirlər ki, nation. Məsələn, Amerika dövləti demir nation, Kanada dövləti ya Sued demir nation, deyir ki state. Bir də state bir şey artırım sizə. Bir daha bir şey artırım. Bizim fəaliyyətlərimiz belə bu mövzuda bizə artırım. Bizim aktivistlərimiz içində bu millət sözünü, yalnız millət sözünü işlətməkdə bir israrı var. Əlbəttə, bu vacibəsinin haqqı var, nə işlədir. Mən məsələ qərar vermişəm ki, bizi yəni şey işlədim, yəni etnomillət işlədim. Mən bəzən millət işlədim. Amma bir daha diqqət edin bura. Bir milləti bu söz deyil ki, millətilər. Siyasi gücdür ki, bir milləti millət edər. Burada bir daha ayrı bir teorik bəhs açılır. O da budur ki, biz hangi siyasəti götürsək eləyə bilərik öz millətimizin nəzərin o siyasətə cəlb edək. Əcəba biz etnomillət istifadə edirsək, bizim millətimiz onu qanmaqda, anlamaqda, düşünməkdə, qəbul eləməkdə çətinlik, yəni rahat olar. Ya desək, yox, elə millətdir, onlar da millət desin, biz də millət ya, yox millət budur, yox millət odur ki, gəlsin. Yəni, biz burada sözlər deyil, güc toplama faktoru və ya millətimizin maarifləşməsi faktoru əsasında ədəbiyyat seçməliyik. Niyə müstəqim getmirik onda? Bir şey ki, istirik yox, biz millətik, niyə demirik millətik, deyirik ki, etnomillətik. Yəni, biz deyək ki, əlbəttə bu bəhsləri gələcəkdir. Bir daha faktoru nəzərdən aldınız burada. Yəni, bir siyasi ünsür, siz bu dedirsən, niyə onu deməyək, bunu deyək. Baxın, niyənin səbəbi sənin camiə şinasanə analizindədir öz toplumundan. Əcəba sənin toplumun, yəni Türk toplumu İranda hansısının pəzişində amadəliyi çoxdur. Onun bir tarixinə bax, asimilasyonuna bax, onun filanına bax. Yəni, burada uzun danışmaq lazım deyil. Yəni, istəmirəm. Fəqət istəyirəm ki, sizin bu sözünüz bir təcrübəli siyasətçi açısından düz deyil. Niyə onu deməyək, niyə bunu deyək? Ona görə bunu deyək ki, bizim millətimizdə cəzzab ola bilər, çəkilə bilər bizə tərəf. Niyə onu deməyək ki, qaçırda bilər? Bu əsasda biz seçməliyik. Mən ki, mən nəyi sevirəm, onu işlədim. Anladım. Amma mənə izni versəniz, mən bir su gətirim. Buyurun. Mən, dostlar, salam ərz edirəm, bir də xoş gəlmişsiniz. Təşəkkür edirəm ki, huzurunuz vardı. Bildiyiniz kimi biz
düşüncə bağı otağıdır bura. Yəni otağı fikir parsa və biz partiləri, Güney Azərbaycanın partilərini bura dəvət eləmişik, Qəşqayıstanın, Türkəmənlərin içində dəvət eləməyə çalışırıq, tapa bilsəkcə dəvət edirik, gəlsinlər burada. 6 gün, hər gün, bir həftənin içində 6 gün, hər gün 3 saat, 4 saat otursunlar səndəldə. Əlan cənab Şamil oturdu və bizim sorularımıza cavab verdi. 500-ə yaxın sual soruşmuşuq. 24 saatda ki, geçən həftə yox, o birisi həftə biz cənab İldırımla, Salih İldırım cənabları ilə müsahibə apardıq, danışdıq. %35-nə cavab verdik. Qalanların indi göndərirlər, mən də hər gün yayıram. Geçən həftə Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatının növbəsi idi, gəlmədilər. Biz də onlara mənfi verdik, 60 nömrə mənfi aldılar. Hər gün bunu demişik və bu günləri Güney Azərbaycan Demokrat Partisi, o düzdür, əgər iştibah eləməsəm. Düzdür, dəqiq. Bəli? Düzdür. Cənab Şamili bu parti tərəfindən, partinin müşaviridirlər, özlərini mərif elədilər, partiyə görə tozih verdilər. İndi bunların nəzərlərinə baxırıq. Bu həftənin içində, yəni bu gün, sabah və 6 gün bundan, bugünkü gündən 6 gün, gələn 5 gün ilə bərabər biz çalışacağıq ki, o 500 suala cavab verək. Olmasa da göndərəcəyik ki, əlbəttə göndərmişik qabaqında. Bu cür ki, başlayıb bitməz bilməyəcək. Mən bilirəm, bilməyəcəkdir. Çünki bizim toplumda bunlar boşdur, cənab Şamili. Yeri çox boşdur. Biz çalışırıq ki, burada biz əlan ki, cənabımızla danışırıq, burada qarayaxı ilə çox işimiz yoxdur. Çox işimiz o toplumun yaxşı danışdığı səviyyəsindən üstə iləndir. İstəyirik o qisməti xitab eləyək, roşənfikri, toplumun roşənfikri, siyasəti düşünən, dərinləşən fikri və Azərbaycan biraz... Neçə nəfər bizə baxırlar? Əlan 14-dən yerində 11-ə. Güzel. Bu bir dənə resursu düzəldirik. Normalda buradan, məsələn, dünə o geçən gələsəkin deyim, məsələn 5 dənə yazar gəlmişdi, oturmuşdu. İndi əlbəttə görmürəm adları. Təəssüflə görsəm deyərəm ki, kimlər var, amma yəni o şeylik var. Ərz edeyim xidmətinizə. Qeydək bəhsimizi davam verək. Zahirən mən burada da bir suallarımın birini silmişəm. Əlim dəyib silmişəm, gedibdir. Təcəyyət tapan bunu. Hizbin amacı nədir dedik? Buyurdunuz ki, hizbin amacı, buyurun. Bəli. Bizim hizbimizin amacı onun məramnaməsində qeyd olan o hədəf idi ki, yazıbdır. Bizim hizbin müəyyən xidmətçisə sunuram. Bizim hizbin bugünkü mərhələdə, bugünkü aşamada mücadiləsi Türk xalqının problemləri ilə, məsələləri ilə, məşğələləri ilə və onun dərdləri ilə məşğul olan bir partidir və təbiətən Türk xalqına bir gələcək qurma, onun saadəti necə bərpa ola bilər deyə o sahədə bir siyasət formalaşdırıbdır. Bizim bugün əsli məsələmiz, yəni Azərbaycanın və yalnız Azərbaycan deyil. Güney Azərbaycan, məqsud deyəndə Azərbaycan deyəndə mən Azərbaycan Cumhuriyyətini deyirəm də, yəni İran siyasi coğrafiyasıdır. Azərbaycanın və Azərbaycandan ötəri Tehran, Kərəc və ya Qum və başqa bölgələrdə Türk xalqının milli müqəddəratını təmin etmə əsli məqsəddir. Yəni bizim xalqımızın bugün İran çapında əsli məsələsi daxili istimara məruz qalmasıdır. İranda bu xalq ciddicə bir ayrıseçkiliyə və ırqçılığa məruz qalmış bir durumdadır. Keçən 100 ildən bu yana. Bu məsələ həll olmayınca Türk xalqının saadətə yürüməsi mümkünat içində ola bilməz. Ona görə bizim partiyamızın tamam enerjisi Türk xalqının iki sahədə Azərbaycan və Azərbaycandan ötəri Tehran, Kərəc və Qum və ondan sonra Türk kantonları Xorasan, Qəşqayı, İsfahan, Lorestanda onlarda hər kəs öz idarəsini, öz bölgəsini idarə etmə haqqını əldə etməkdir. Azərbaycanda devlət qurma, Tehran, Kərəc, Qumda
özel rejim ile iki dilli Türk-Fars bir sistem bərpa etmə, ondan sonra Türk xanları Qaşqayistan, Xorasan, Lorestan, İsfahanda otonomi formunda öz bölgələrini idarə etmə haqqını əldə etməyə çalışır. Bizim partimizin amacı budur. Buna çalışır. Gözəl. İndi bir dənə daha genel bir sual soruşum xidmətinizdən. Fikir eləyin ki, bizim içəridə ya qulaq asanlarımızdan, burada hazır olanlardan bir neçəsi istəyirlər bir təşkilat quralar. Bir təşkilatı necə qurmaq olar? Bir təşkilatın qurulması həm rahatdır, həm çox çətindir. Bir təşkilatın qurulmasının bünyəsində bir teorinin olması lazımdır. Yəni nə üçün bu təşkilat qurulur və hansı amaclara gedir? Yəni bir müəyyən analiz, bir nəfər ya 5 nəfər fərq etməz. Bu güc, yəni analiz gücü və teorik güc eləyə bilər bir nəfər də olsun, sonra o bizlərə hani eğitim geçsin təşkilat içində. Eləyə bilər 3 nəfərin bir ara yığışmanın o güc, yəni teorik güc əldə olsun. Ya 10 nəfərin yığışmayla güc əldə olsun. O teorik güc əldə olduysa, yəni müəyyən ağırman, iydələr filan əldə oldu, onlar eləyə bilərlər yığışına bir dövrəsində desinlər ki, bir analiz əsasında biz indi bu iydənin əsasında toplumumuzun, Türk toplumunun ya Azərbaycan toplumunun hansı kəsimlərinin ehtiyacına cavab vermək üçün eləyə bilərik özümüz bir təşkilati varlıq olaq və özümüzü tanıtdıraq və xalqın nəzərini cəlb etməklə gələcəkdə Azərbaycanda hakimiyyət qurmada bir rol oynayaq. Çətinliyi nədir bunun? Çətinliyi dedim, o teorik bazanın olmasıdır. Yəni güclü fikir, bir nəfərdə ya bir neçə nəfərin bir arası gəlməsi, o güclü fikir bir ortaya gəlməsi və onun arxasında müəyyən iradənin olması. İradə ki, toplumda dəyişiklik olmaq lazımdır. Yəni yalnız zehniyyətin olması deyil də. Yəni çox adam mümkündür teorik gücü də ola, amma iradi mətuf əməl, yəni eyləmsəl bir mərhələyə keçməyə. Yalnız elə özü yaza, özü poza filan elə, amma çıxmaya bir hərəkət edirik toplumda. Yəni təşkilat qurmaq, yəni eyləmə, əmələ girişmək deməkdir. Yəni o ki, əməl işləyir, gəlir bir nəfər ya bir neçə nəfər bir araya işirlər ki, tamam biz indi teorimiz var, teorik gücümüz var, indi bu teorik güc əsasında insanları cəlb eləyəcək, daha güclənəcək və yəni, toplumumuzda dəyişikliyə səbəb olacaq və ya toplumumuzun gələcək qurulan hakimiyyətində indidən bir rol oynamaq istəyirik deyə fəaliyyət edəcəklər. Gözəl. Sizin təşkilat necə quruldu? Yəni teorik olaraq o teori var idi, yox idi, ya neçə nəfərə, bu necə oldu? Bizim təşkilatın bünyəsi Azərbaycan Federal Demokrat Hərəkatının təşkilatı, yəni qurulmasına gedir və bizim təşkilat qurulanda Azərbaycan Federal Demokrat Hərəkatının 35 nəfərdən 12 nəfər qurucusu bizim təşkilatdaydılar. Yəni bizim təşkilatı quranlar elə qurucu baba idilər Azərbaycan Federal Demokrat Hərəkatında da. Ona görə orada o teorik cəhəti, hani bizim əvvəl qurduğumuz təşkilat Azərbaycan Demokrat Hərəkatının kadrı, yəni siyasi kadrı çox önəmli bir şeydir. Çox önəmli bir şeydir. Təcrübə, siyasətdə bir teori var, bir təcrübə var. Yəni yalnız teorinin təcrübəsi olmayan, hani bir qolu ya bir ayağı axsamaqdadır deməkdir. Yəni ona görə də bəlkə bizim təşkilatımızda yaşlılar müşavir eləyiblər ki, axsamasınlar deyə bəlkə. Çox gözəl. Ona görə yəni teorik bazı, həm siyasi kadr ki dediyin, o siyasi kadr odur ki, teorik cəhətdən güclü və əməli cəhətdən təcrübəli birisidir. Və orada Federal Demokrat Hərəkatında bu cürüsü kadrların sayı çoxudur. Və ona görə və onların yanında da Ustad Fərzanə də onların biri idi, əlbəttə bizim yaşlımız. Eyni halda Azərbaycan Federal Demokrat Hərəkatını vəsl edirdi milli hökumətin devrinə. Çünki bilirsiniz ki, Fərzanə milli hökumətin çağında da bir gənc kimi qələm sahibi idi, yazardı. Yəni, bir türlü biz Azərbaycan Federal Demokrat Hərəkatı vəsl olurdu tarixən firqənin və milli hökumətin quruluşuna və bizim üçün çox böyük bir onur verici bir şey idi bizə. Allah rəhmət eləsin, çox böyük bir insan idi. Bugünkü bizim təşkilatımız oradan kadrların, yəni
12 kadrın ayrılması, ondan devam etmesi. Əlbəttə o 12 kadrın hamısı qalmır bizim yanımızda fərqli səbəblərə görə, amma hər halda o güclə, o kadrlarla Azərbaycan Demokrat Partisini devam etməkdir. Sizin partinin parti istiqlalçıdır, federalçıdır, konfederalçıdır, xudmuxtarçıdır, qanun əsasisidir, nəçidir? Bizim partimizin siyasətində İranda radikal federalizm və radikal demokrasinin gerçəkləşməsinin tərəfdarıdır. Biz istəyən demokrasi İranda əlarəğm o mərkəzçilər ki, yuxarıdan aşağıya demokrasi istəyirlər, bizim partiyamız aşağıdan yuxarıya qurulan demokrasinin tərəfdarıdır. Yəni, bölgələrdə hakimiyyət, xalqların hakimiyyəti qurulacaq, o hakimiyyətlərin nümayəndəsi mərkəzə yığışıb, onlar anayasanı yazacaqlar. Amma mərkəzçilərin idəsində əvvəl Tehranda bir dövlət qurulacaq, sonra yavaş-yavaş bölgələrə ixtiyarat çoxalacaq. Bunun adı yuxarıdan aşağıya demokrasidir. Dəqiqən bizim əks inandığıma görə ki, biz aşağıdan yuxarıya demokrasinin qurulması. O aşağıdan yuxarıya demokrasinin qurulmasının icabatı bugünkü uluslararası hüquqa dayanaraq federalizm qurulması. Yəni bölgələrdə, əyalətlərdə də bugün Azərbaycan əyaləti, Kürdistan əyaləti, Loristan əyaləti, Bəluchistan əyalətlərdə hakimiyyət qurulandan sonra bunların nümayəndəsi iki formda. Bir ölkə, İranın ölkədə, yəni bireysəllərin ya vətəndaşların rəyin, bir də bu devlətlərin nümayəndəsinin rəyi, nümayəndələri ilə iki məclis Tehranda orada anayasa yazmağa getməlidirlər. Yəni orada mərkəzçilər deyil, aşağıdan yuxarıya qurulan demokrasinin nümayəndələri qanun yazmağa hazırlıqla olmağı lazımdır ki, onun sözü çox uzundur ki, yeri gələndə bəlkə daha çox danışacaq. Əcəba cənabınızın bu düşüncəzdə... Bir daha da bir artırma gətirin bura. Biz federalizmin tərəfdarıyıq. Amma diqqət edin bura. Federalizm geçən cümlələrdəki dedim, federalizm də sözlə qurulan bir şey deyil. Biz nə qədər çox güc əldə edə bilsək, o qədər federalizmi gerçəkləşdirə bilərik. Əgər gücümüz federalizmdən daha biraz artıq olursa, konfederal formu yaparıq. Yəni konfederal form gələr İrana. Bu konfederal olub və ya federal olması bizim, yəni xalqların, İranda xalqların ələl-xüsus, yine təkrar edim, ələl-xüsus Türk xalqının gücü ilə bağlı bir faktordur. Yəni bu Türk xalqı nə qədər İran səviyyəsində və Azərbaycanda organizə və tərəfdəni xalqın nəzərini cəlb etmiş olsa, federal, daha çox cəlb etmiş olsa, konfederal olar. Amma qoyun sizə bir mənfi şeydə deyim, o cür çox belə ümidlə yaşamayaq ki, hətmən hər şey yolda elə bizi fəqət gözləyirlər. Əgərsə güclü getməsə bu iş, biz hətta federal almağa da imkanımız olmayacaqdır. Sənin gücün olmasa, təbii ki, hədəfə də çatanmasın. Doğru. Siz zahirən belə nəzərə gəlir ki, konfederalı federaldan çox üstün gördünüz. Belə mənə gəldi. Nədir görürsünüz? Yox, təbiətən biz, yəni siyasətdə nə qədər demokrasi xırdalanırsa, nə qədər təmərküz əldən alınırsa, nə qədər xalqlar, insanlar öz siyasi gündəlik yaşamında daha çox qərar verici bir duruma gəlirsə, yəni ən yaxından bir xalq ya bir insan ən yaxından siyasətə təsir edir bir siyasət varsa, biz onun tərəfdarıyıq. Yəni, siyasət xalqın qərarı ilə nə qədər xalqa yaxınlaşırsa, o qədər mümkündür. Ona görə konfederal məsələsi gəldiyimizdə, əgərsə bu konfederal daha bir sistemi demokratikləşdirəcək, əlbəttə ki, ona cavabımız bəlidir. Yox, mənim sorum budur. Siz yəni konfederalı nə cür tərif edirsiniz? Federalda dediniz ki, iyalətlər, ya məsələn türklər, Qəşqaylar, Bəluçlar, Ərəblər, bunları vurdunuz. Bunlar dövlətdirlər. Dövlət gedir mərkəzi dövlətdə, məsələn bir dana Sina var, bir dana da məclis var. Məsələn. Amma indi konfederalı nə cür tərif edirsiniz? Yəni konfederalda
Azərbaycanın, ya Ərəbistanın, ya Bəluçistanın durumu, ya Türkmən Səhranın durumu nədir olur? Yəni bir müstəqil dövlət olur, sonra mərkəzlə birləşir, ya nədir olur? Yox, müstəqil dövlət olur, sonra mərkəzdən bağışlarsa, o tür bir şey olmaz. O tür şey, yəni beynəlmiləl hüquqla, yəni uluslararası hüquqla uyğun bir söz deyil bu. Yəni müstəqil bir dövlət quracaq, sonra gəlib yapışacaq. Bu iş, yəni bu iki bir ölkənin bu cür, yəni 2-ci Dünya Savaşından sonra bir ölkədən ayrılması çox bir ağır və uzun prosesdir. Yəni bu ayrılsın, sonra gəlsin filan bir şey yox. Yəni bu əsasən federalizmin və ya konfederalizmin meydana gəlməsinin illəti buradadır ki, əsas illəti buradadır ki, bugün İranda əgər sən milli haqların əldə etməyi ya millətlərin bərabər haqla İranda yaşamağı söz konusudur, əgər ayrılma mövzusu o qədər rahat olsaydı məsələ, bəlkə ayrı bir fikirlər ola bilərdi. Yəni siz deyəm ki, ya gəlin ayrılaq, sonra birləşək. O qədər yəni rahat olsaydı. Amma bugün əsla belə bir şey yoxdur. Yəni məsələn İranın siyasi tarixində yəni yasal zəmin ya yasal dəstək, qanuni dəstək, yəni federalizmə yoxdur. Yəni bugün əslən bizim İranda xalqların bizim dilimizi, bizim bölgəmizi eşidir. Bölgə o zaman rəsmiyyət olur ki, mən öz bölgəmi özüm idarə edirəm. Yəni əgər federal bir sistem gəlirsə, orada Azərbaycana bir yasal zəmin yaranacaq. Bura bir bölgədir, buranın idarə. Yəni burada xalq öz qədərini təyin edir. Yəni gedəcək məclis seçəcək, məclis olacaq, dövləti olacaq. Siz baxın dünyada istiqlala gedən dövlətlərin hamısına ya məsələn Sovyet Birliyi, ya Yugoslaviya, kim hansına baxırsanız hamısı istisnasız ya qabaqca Sovyet Birliyi, hamısı qabaqca dövlət idilər, 15 dövlət yapışdı, 15 dövlət ayrıldı. Yugoslaviyada da hamısı şeydilər, federal bir dövlətidir. Yəni yasal, qanuni dəstək vardı. Yəni bölgələr özlərinin məclisləri vardı, dövlətin məhəlliləri vardı, filanı vardı. Yəni yasal dəstək vardı ki, ayrılanda da hətta diqqət edəcəksiniz, Yugoslaviyada ayrılanda torpaq sahəsində bir-birindən, yəni savaş torpaq sahəsində deyildi. Yəni yalnız hakimiyyət sahəsində idi. Yəni Yugoslaviyələr, Sərbilər, deyək məsələn də hakim millətlər izni vermirdi o bizim millətlər ayrılsınlar. Amma ayrılandan sonra bölgələr üçün federal bölgə idi, sınırlar bəlli idi, orada heç bir problem meydana gəlmədi. Amma məsələn həman zamanda Çəçənlər Rusiyanın tərkibində idilər. Yəni dəstək, yəni qanuni dəstək yoxdur ki, Çəçənlər istiqlal ala bilərlər. Savaşdılar, hamıdan da çox savaşdılar. Zaten bizimkilər Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna savaşmadılar, ayrıldılar. Çünki orada anayasada, hüquqda gəlmişdi olan. Amma Çəçənlər canla, qanla savaşdılar. Nəticə Çəçənlərə yenilmə və Çəçənlərin hüquqsuz qalması idi və ayrılma. Niyə? Çünki hüquqi dəstək yox idi. 2-ci Dünya Savaşından sonra, buna da bir işarə edeyim, bu çox mühüm məsələdir. Bizimkilərin içində çox bəhs olur. 2-ci Dünya Savaşından sonra o dediğim reformlar yazıldı. O reformların biri də torpaq bütövlüyünü rəsmiyyətə tanıma əsli idi. Əsli idi. Deyir ki, dövlətlər ondan qabaq, 2-ci Dünya Savaşından qabaq, bu dövləti, məsələn, bir bölümünü alsın, böyük dövlətlər, balaca dövlətləri qapsın, qaçsın öz toprağına filan. Amma ölkələrin torpaq bütövlüyünə saygının göstərilmə ilkəsi gələndən sonra da ondan sonra oralardan ayrılma heç bir dövlət, bir dənə toprağın bir bölümünün ayrılmasına izni verməz. Niyə? Çünki izni verirsə öz toprağına da ayrılma, ancaq o birisilər izni verəcəklər. Yəni dövlətlərin hamısının mənafiyə icabətı buydu ki, o birisilərin torpaq bütövlüyü rəsmiyyətə tanısın. Məsələn, mən o danışıqlarımın birində demişəm. Məsələn, siz gedin bir ölkəyə, deyin ki, orada biz istiqlalçıyıq, istəyirik bir dövlət nümayəndəsi ilə Güney Azərbaycanın istiqlalı haqqında danışır. Məsələn, Vizarəti Xarici İşlər Nazirinə gedin. Orada sizi qəbul eləməz, sizinlə danışsınlar. Deyirlər, biz sizinlə danışa bilməz. Siz istəyirsiniz, məsələn, filan yer ayırasınız. Və bu bizim məmləkətin anayasasına ya torpaq bütövlüyü ilkəsinə qarşıdır. Ona görə siz istiqlalçısınızsa, biz sizinlə danışırıq. Əsasən burada sən məclisə girəndə məclis nümayəndələri də o deyər. Məclis nümayəndələri rahatdırlar, danışa bilərlər. Çünki məclis nümayəndələri dövlət nümayəndəsi deyirlər. Cəmiyyətin, xalqın nümayəndəsidirlər. Onlardan hətta hizbilər belə
bu sahədə çox ikrahla rəftar edirlər. Yəni, məsələn, Sueddə gəlsən bir məclis danışmağa deyirlər, əvvəl soruşurlar, əcəba siz yeni bir bayraq yaratmaq, yeni bir ayrılmaq filan istəyirsiniz, əgər istəyirsiniz biz danışmaq istəmirik. Əgər yox, məsələn, insan haqları ya filan hüquqlar çərçivəsində danışmaq istəyirsiniz, tamam danışaq. Ona görə o zamandan bu ilkə, yəni toprak bütövlüyü ilkəsi dövlətlər tərəfindən hamısı rəsmiyyəti tanınıb. Məsələn, çəçənlər qanla, canla savaşdığına görə də həqiqətən də böyük bir, yəni dəstan yaradan bir savaşlarda elədilər, amma təəssüflə bir yerə vara bilmədilər. Bu bizim üçün də, bizim xalqımız üçün çox böyük bir dərs var içində. Buyurun. Can Şamili, dövlətlər iki cürədir. Bir qanuni dövlətlər, yazılmış qanunlar, bir də ürfi dövlətlər, İngilistan kimi ürfi dövlətdir. Yəni yazılmış anayasası yoxdur. Amma indi gələk, əcəba Qacar dövlətindəki millətlər hakim idilər, dövlət millətlər var idilər, amma bir federaldan da hətta biraz güclü, çünki mərkəzi pulda yox idi, hətta hər dövlətin özünün pulu var idi. Əcəba burada nə cür görürsünüz? Bu da bir yasal görürsünüz, urfi yasal görürsünüz, görmürsünüz? İranın dövlət quruculuq tarixi, əvvəla İranın birinci dəfə İranda anayasal yazılması məşrutə devrinə gedir, məşrutə inqilabına gedir. Və İran elə bir fəlakətli bir durumdaydı ki, yəni dünyadan 200 il dalı idi. 200 il. Qacarlar hakimiyyətə gələndə İranda o tarixdə Fransa inqilabı keçirdi. Yəni tarixin modern dövlətlərinin qurulma zamanı. İrana nə zaman yetişibdi bunun xəbəri Fransadan İrana? 125 ildən sonra. Yəni, bu bir daha faciəli bir şeydir. Yəni Nasirəddin Şah gedir İngilistana, oradan gedəndən sonra deyir ki, orada anayasadan danışırdılar. O nədir yəni? Bizim niyə yoxumuzdur? Yəni, Nasirəddin Şah özü birinci dəfə ölkədə. Çünki gedib görüb orada deyirlər anayasa bunun filan da. Siz deyirsiniz orada qanun yoxdur. Mən bilmirəm ki, urfi şey nədir? Yəni, İngilistanda qanun yoxdur. Hər halda oradan gələndən sonra deyim ki, orada anayasa deyirlər və burada niyə yoxumuzdur? Oradan mı mövzu başlanır? Yəni, İranda birinci dəfə bunu yəni, orada anayasa yazılır və anayasa necə yazılır? Çünki təcrübə yoxdur, deyirsən, bilən yoxdur, anayasa nədir, onu bilmirdilər. Getdilər, Beljikin anayasasını gətdilər o zaman. Gətdilər İranda. Belçik de o zaman bir təmərküzgərə bir sistem anayasasıydı. Onu gətirdi İrana və anayasa tərcümə edib qanunu keçəndən sonra baxdılar görürsən İranın haqqında, məsələlərin haqqında burada bir şey yoxdur yəni. Sonra mütəmmim qanunun əsası gəldilər ki, aslında İran iç məsələlərinə toxunsunlar və orada o məclisə, iyaləti filan qanunun da o mütəmmim qanun əsasında keçdilər. Gördülər bu məsələyə cavab yoxdur. Hər halda orada bir müsbət bir şey vardı yəni anayasada. Amma İranın tarixçiliyində Dr. Katuzyanın bir nəzəri var. Çünki çox önəmli bir şeydir. Dərvaqa İranda Türk dövlətlərinin tarixinin hekayəsidir. O deyir ki, İran siyasi sahədə tarixi cami-i koləngidir, yəni qazma. Yəni hər kim bir hakimiyyət gəlibdir, o birisinin dibini qazıb, söküb, ondan əsər qalmayıb özün devam. Oradan ki mümkündür. Oradan ki mümkündür. Bu dövlət keçən dövlətin məhvəsinə çalışıb. O dövlət gəlib, o birisinin məhvəsinə çalışıb. Orada əlbəttə Katuzyan İran dövlətlərinin tarixindən danışır. Amma İran dövlətləri keçən 1000 ildə kimlərdirlər? Türk dövlətlərdirlər hamısı. Yəni dərvaqa Türk dövlətlərinin tarixindən danışır orada. Yəni yasallıq bizim tariximizdə görünmür, gözə görünmür. 1000 il tarixdir. Çox uzun bir daha tarixdir. Faciəsi də buradadır ki, keçən 1000 il tarixdə elə bu həman dövlətliyin nəticəsində gəlib 250 bu qacarlar götürüblər, təhvil verdilər dövləti Pəhləvilərə. Zaten İranda bizimkilər belə bəziləri təsəvvürlər vardı ki, məsələn, Qacarlar Türk dövləti idilər və Rizaşah Fars dövləti. Belə bir şey yoxdur. Bu yanlış bir anlayışdır. Anayasa, İrandan birinci anayasasında harada yazılıbdır? Qacar devrində yazılıbdır. Müzəffərəddin Şah imzalayıbdır məşrutə inqilabının anayasasının altını və məşrutiyyəni qəbul edibdir. Və orada məclisə adam çağırdılar, nümayəndə demişdir ki, yəni qərar buydu ki, 6 kilas savadı olan, fars savadı olanı dəvət eləməsi məclis nümayəndəsi ola bilər. Deməmişdə Türk savadı olan məclisə gələ bilər. Orada da məclisdə də dil farsça idi və qanunu da farsça yazıblar. Necə yəni bizim dövlətimiz nə üçün? Bizim dövlətimizdə anayasa farsça yazırdı, məclisin dili farsça idi. Məmləkətdə o istilər hamısı qədəğan olsun da. Bir dana Qacar hakimiyyətincə bir damar deyilir ona. Bir Türk damarı vardı.
çox zəif bir damar vardı. Hətta Müzəffərəddin Şahın öz içində belə bir damar vardı ki, bir səfərdə o Osmanlının da orada bir padişahın görürlər falan edirlər. Deyirlər ki, amma niyə türk dilində yazılmır? Oradan bir fərman göndərirlər ki, türk dilində yəni təhsilin şeyini o fərahəm edin, cüzlük olsun. Amma gəlir heç kəs onu da alsın tutmur. Yəni o bunların bəzisində onu qoy bunların bəzisində buyurun. Qacar hakimiyyətinin son dövrlərdə bir dənə zəif türk damarı var. Amma elə bir zəifdir ki, heç bir türk dilinin veya türk xalqının rəsmiyyətini hüquqda yerləşdirməyə güc yoxdur. O qədər. Bilirsiniz, mən belə düşünürəm, yəni hətta imperatorluqlarda, məsələn Osmanlı imperatorluğunda da rəsmi dil yoxdur. Çünki məmləkət axı çox millətlikdir. Qacarda da ki, yenə mənim nəzərimə Qacar Osmanlının bir parçasıdır. Siz də işarə edərsiniz ki, oradan dəstur gəlir ki, türk dilini falan eləyin. Yəni o dəstur deyildi. Müzəffərəddin Şah oradan Avropadan gələndə keçir, Osmanlılarla görüşür. Padişahlar məşvərət verirlər Müzəffərəddin Şaha ki, türk dilini orada diqqət yetirilsin. O da oradan bir fərman göndərir ki, türk dili təhsil alınsın. Bəli. Amma kimsə önəm vermir. Bəli. İstəyirəm ərz edeyim ki, yəni məsələn qanun əsasının fərmanı ilə ki, düzəlsin, məclis düzəlsin, durulması və yazması 1-2 ay çəkir. Belçikdən gəlməyi 0 imkanı qədərdir məncə. Mən belə görürəm ki, yəni o zamanın məmləkətdə yol yox idi, araba yox idi. Nasiruddin Şah dövründə bir dənə gəlmişdi, amma o da 2 dənə maşın gəlmişdi. Biri xarab oldu, biri də qaldı, işləmirdi. Yəni benzin yox idi, falan yox idi. Əhələr bir nəftinə gəmidən gətirirdilər. Onun üçün qanun Belçikdən zatdan bunlar ki deyirlər, bunlar məncə çox saxtə bir şey gəlir. Ərz elədim, aylar çəkər, 6 ay çəkər, 7 ay çəkər. Gedəsiniz, buradan gərək minələr gedələr Xəzərə, Xəzərdən gedələr gəmi ilə, hara, oradan geçələr Avropaya falan. Çox uzun çəkərdi. Onun üçün bu yerləşmir o tarixə. Yəni mən belə görürəm. Hər halda buradan çıxaq eşiyə o tarixdə bəhs eləməyək. Necə yəni? Bəhsimiz tarixdə deyil. Yəni siz deyirsiniz, yəni anayasanı Belçikdən gətirməyiblər deyirsiniz? Xeyr, gətirməyiblər. Nədir gətirə bilərlər bir ayın içində? Özü də ki, Cənabınız buyurdunuz ki, deyir 5 ya 6 gecən sabahları olsun. Mən Məşrutənin haqqında təhqiq eləmişəm ruznamələrdən Təbrizdə bir dənə kitabxana açıblar. Mədəni var idi, öldürdülər İmam Cümə. Onun evi olubdur. Mətbuat-ı Məşrutə deyən muza olubdur. Orada mən o zaman ki oradaydım, hələ zindana düşməmişdim belə, gedirdim orada, mən otururdum, oxuyirdim. Məşrutiyə görə təhqiq yapardım. Məşrutənin bir dənə əksi var, elə Məşrutə zamanında. Nümayəndələr, o zaman bilirsiniz, səndəl yoxdur, fərşdir. Fərşsiz alıblar, məscid modeli. Salıblar, o nümayəndələr oturublar, yastıqları var yanlarında. Başlarını qoyublar yastıqda, yatıblar, əksini salıblar. Əksinin altında yazıb ki, bunlar heç birisi fars bilmirlər. O adamlar fars danışır. Bunlar yorulublar, başlarını qoyublar, yatıblar. Yastıqları var yanlarında. Bunu görsədir ki, orada bu cür bir məhkum yox idi. Hətta bunun üzərinə mən bir dana özüm bir nəzəriyyənin üstündə işlədim, nəticəyə də çatdım. Çox da xoşum gəlir, özüm yaratdığım üçün bəlkə. Çox xoşum gəlir. O da budur ki, İranda məclis, birinci məclisdən sonra məclislərin hamısı təbəqatı olub. İranda təbəqat sistemi hala hifz olur. Əlbəttə Amerikada da hifz olur. Belə mən bunun haqqında danışmışam da. Amma İranda təbəqat hifz olur. İndi feylən məclisi İran ibarətdir. Mollalar, döftürlər, mühəndislərdən. Ondan sonra o birisi qəşrilərdən orada adam yoxdur. Və bunlar hamısı deyirlər ki, məclisə təxəssüs lazımdır. Amma siz deyin ki, məsələn, cərrah nə bilir, siyasət nə bilir, nə qanun nədir, nə bilir, atom nədir. Yəni o qədər ki, cərrah atomdan bilir, ya mühəndis bilir, ya o qədər ki, molla bilir, o qədər mən də bilirəm. Cənabınız da bilirsiniz, mənim nənəm də bilir. Məsələn, mənim nənəm də savadı zerodur, sıfırdır, amma elə o qədər atomdan bilir, o qədər siyasət xaricədən bilir ki, bir dənə döktür bilir. Onun üçün məncə bu şeydir, yəni bir şeydir. Bunlardan geçək. Bunlar bəhslər, tarixi bəhslərə xüsusən girməyək. Çünki bizim bəhsimiz tarix deyil. Sizə mən qoyun bir daha bu mövzuda deyim, bir balaca bir şey deyim. Əvvələn Məşrutə inqilabının o qanunu Belçikdən gəlməsinin siz biraz baxmanız lazımdır. İran dövlətlərinin
Avropa ilə əlaqələri uzun zamandan bəri. Yəni bu Qacar məsələsində deyil. Məsələn, Qara qoyunlar, Ağ qoyunlar Avropa ilə, Fransa ilə qərarlar imzalayıblar. Yəni münasibat dövlətlərlə vardı. O deyil ki, yəni heç bir münasibatsız olmasın. Səfəvi gəlir, Səfəvinin hətta Səfəvi Osmanlıların qarşısında durmanın arxasında Vatikan yatırır. Yəni onları bilirəm, onları mən də bilirəm. Əgər istəyirsiniz ora gedəsiniz ki, oradan gəlibdi, bunu ərz edirəm xidmətinizə. Baxın, deyirlər ki, Səfarəti İngilistanda etisab eləyiblər. Çıxıblar deyiblər bizə məşrutə istiyor. Düzdür, bunu deyirlər də. Yap böyük mədrəs budur. Amma biz mədrəsdə görürük ki, heç kəs çıxıb şey istəmir. Oradan, Səfarətdən çıxıb heç kəs məşrutə konstitusyon istəmir. Hamı gəlir ədliyyə istiyor. Fəqət bu, hətta şey də yazanda Müzəffəreddin Şahın da fərmanında məclis şey deyil, məşrutə deyil. Təşkil məclis nümayəndələr məclisi təşkil qanun əsas deyil. Təhti adamı ki, tarixdə istibdada müttəhəmdir. Mən istəmirəm tarixə geçək, ona görə istəyirəm fəqət çox xülasə. İstibdada müttəhəmdir Məhəmməd Əli Şahdır və təhti adam ki, deyibdir, məşrutə, məclisi məşrutə Məhəmməd Əli Şah. Yəni ondan sonra heç kəs demirdi. Fəyəm onu deyim ki, sizə olsa bir gün siz, yəni əvvəla hər bir məclislər bu gün də otururlar, bu gün. Hatta Avropada belə. Məsələn, Avropada məclislərə gedərsən, məclislərdə bir sene yaşlı adamlar var. Yəni məclisin o təcrübəli insanlardır. Qalır, görürsən, əsas təsir quzar insanlar məclisdə qanun yazmaqda olardılar. Cavanlar gedərlər, işlər görərlər, amma əsas adam. Siz o dövrədə də məclisdə siz ayı döytürüz, yay sərdi çağırmalısınız dəvət danışığa. O sahədə mən fikir edirəm, mənim o qədər məlumatım olmuyor. O insanın çox o sahədə məlumatı var. Ondan bir dəvət danışın, o vəziyyət aydınlaşmaqdan ötürü nə cürmüş filan, o da bəlli olar. Amma o da deyim sizə, məşrutiyyətin, qana yazanın, farsı dilinin, filanın, hakimiyyətin əqləb adamları, yəni çoxunda hamısı tüylədilər hakimiyyəti qurmaqda. Təbii ki, o doğru. Yəni mütəəssifənə bizim brainwash elə olmuşduq ki, türklüğümüzlə müxalif idik. O məqsəddə də türklüqlə nəsə bir müxalifət var idi dünyada. Onun üzünə də türklər yıxıldılar. Amma buradan çıxıldı ki, siz fərmayişlərinizdə dediniz ki, radikal federalist, radikal demokrasi. Mənzurunuz nədir radikal demokrasi, radikal federalizm? Federalizm, dünyada bir federalizm bir yani siyasi bir qabdır da yani sistemi siyasi onun üstünde oturur. Bunun çok çeşitliliği var. Yani mesela Rusiye'de de federalizm vardı mesela. Farz edək, mesela Suis'te de vardı. Elbette Suis'i daha çok konfederal sistemdir. Herhalde mənzurum budur ki, radikal sistem deyəndə dəqiqən o aşağıdan yuxarıya demokrasını qəsd etmişdim. Ki yani bir sistem ki aşağıdan qurulur, gedir yuxarıya. Yani aşağı təbəqələrdən və aşağı qurullardan və nizam-ı siyasi aşağıdan qurulan, yani aşağıdan qurulan orqanların vasitəsilə qurulmaqdadır. Halbuki bu mərkəzdə quruluş, yani çaba budur ki, yuxarıda Tehranda bir devlet kursunlar, bir cürdü çaba ki, açsınlar bir basın, bir cürləsində bir yani başbakan filan, nüfus vəzir seçsinlər, desinlər buna görə o seçsin filan eləsin, orduyu da versinlər onun əlinə, yani seçildi, qəbul oldu, məclisdən geçti, ordunun da olur komandiri, ondan sonra hər nə oyun gətsinlər. Ona görə bu yuxarıdan demokrasinin qurulmasına İranda mümkün qədər izni verilməməlidir. İzni verilməməlidir, səbəbi nədir ki, bizim deməyimizlə də dedim, siyasi gücün var oluşu. Gücə qatırdır. Əgər Azərbaycanda bir güc olursa ki, İran rejimi aşanda Azərbaycan siyasi kontrolünün öhdəsinə geçsin, özü idarə eləsin, yəni böyük bir hərəkət olmuşdur. Ona görə istəyəm o deyim ki, o radikal demokrasida bir dənə fərqi vardır. Radikal demokrasida yəni işarə etmemiz lazımdır. Bir klasik demokrasi var. Klasik demokraside yani çoxunluğu təmin edir. Yəni məclisdə görsən 51% hər bir məsələn layihənin 51% rəyi olur, keçir. Yəni o kəsimlər ki 51% rəyi vardı, məclisin qanunu keçirdilər. Ondan sonra da o birisi 49%, yəni imkansızdır. Əmələn yəni bunu cəmiyyətşünaslar da, sosiologlar bu sistemi, klasik demokrasini əksəriyyətin diktatorluğu tozih verər. Yəni 51 təşkil edir, bitti daha başqa 49 neynəyəcək ki? Amma radikal demokrasida yəni fərqlilik budur. Əvvəla o birinci klasik demokrasida dayanan nöqtə yalnız vətəndaş, yəni bir bireysəllərin, insanların, bir fərdilərin haqqıdır, vətəndaşların haqqı.
deyirlər Farsda haqqı şəhribəndi. Bəli. Amma radikal demokrasiyada iki dənə faktor dəyişilir. Bir, yeni reformların varid olmasıyla, məsələn deyək, yeni reform nədir? Deyir ki, qətnamə ki, yerel xalqların öz bölgəsini idarə eləmə haqqını ona rəsmiyyətə tanıtdırırsa, radikal demokrasiyada deyir ki, bu ölkədə elə bir xalqı varsa, öz bölgəsini idarə edəcək. Bu deyir ki, Azərbaycanda bir hakimiyyət qurulmaq lazımdır, Azərbaycan idarəsi, Kürdistanda Bəluçistanda. Bu nə demək yəni? Bu, o demokrasiya 51%-i mərdud tanıyır. Bax, əvvəl bunların haqqı rəsmiyyətə tanınacaq, ondan sonra gələcək ki, orada nə olacaq? Bir, bu sahədə bu məsələ vardır, yəni reformların varid olmasıdır. Bir də aşağıdan yuxarıya demokrasinin qurulmasıdır. Yəni, o reformların varid olması çox önəmli faktordur, yəni hüquqi cəminin varid olması məsələyə. Bir də aşağıdan yuxarıya demokrasinin qurulmasıdır ki, radikal demokrasinin tələbləridir. Aşağıdan yuxarı nədir? Toplumun fərqli kəsimləri nümayəndəliklərlə, sendika vasitəsilə, sivil toplum quruluşlar, ittihadiyyələr, yəni siyasi partiyalar, bu güclər aşağıdan yuxarıya getdikcə o klasik demokrasi 55% qırır və deyir ki, yox, bu da daha da çoxunluqla qərar verilir. Diqqət edirsiniz, Avropanın məsələ məclislərində görürsən 6-7 dənə məmur partiya olur və rəylər məsələn 5-dən məsələn 15-20, yəni daha çox partiya olur məclisdə. Daha çox partiya olduqca hani 51% bir partiyə təmin etmə mümkün deyil. Onda nə olur? Partiya ki, yəni dövlət təşkil edəcək, məcburən etilafi dövlətlər. Baxın, indi Avropanın dövlətlərin hamısı etilafi dövlətlərdir. Neydi? Yəni etilafi dövlət dediyində yəni 51% təmin olunur da. Yəni sən məcbursan o partiyadan biraz, bu partiyadan biraz və yəni yenəsən aşağı və hüquq, yəni geniş vasitədə hüquq təmin olsun. Radikal demokrasi dediyimizdə budur. Yəni aşağıdan demokrasi təmin olması, eyni halda təzə reformların qəbul olunması bir ölkədə. Çox sağ olun. Təşəkkür edirəm. Sizin təşkilatın prensipləri nələrdir? Prensip, yəni iki dənə prensip var. Bir prensibi təşkilatı var ki, insan o təşkilati kurallara uymalıdır. Yəni təşkilatın əsasnaməsinə uymalıdır. Bir də arman və istək və tələblər əsasında prinsiplərdir. Yəni əsas məramnamə təbiətən məramnamənin arxasına getmək məsələsi. Prinsipdə yəni armanlar, istəklər məramnamədə təmin olur və təşkilat əsasları əsasnamədə təmin olur. Prinsiplər orada təyin olur. Sizin indi məramnamədə əsasnamədə nələr var? Məramnamədə nələr var? Yəni əsasnaməyə nəyə danışaq da? O təşkilatın xülasə, yəni istəmirik ki, cüziyyatın buyurasınız. Məsələn, prinsipləriniz nədir əsasnamədə? Əsasnamədə tamam üzvlər, biz üçün bilirsiniz də, Azərbaycan təşkilatlar böyük təşkilatlar deyirlər. Yəni təşkilatda əsasnamə təşkilatın böyükçülüyünə görə əsasnamədə dəyişilir. Çünki yəni sayı çox olduqca əsasnamənin də formu dəyişilmə forçuyorlar. Bizimkində amma üzvlər hamısı şurayı mərkəzi təşkil edirlər və bu hər bir neçə ildən bir konqrə düzəldiyində 5 nəfər komitə mərkəzi insan seçirlər ki, onların 2 dənə sözçüsü olur. Bizimkində yəni lider yoxumuzdur, bizim sözçü varımızdır. Çünki partiya bir cəmi hərəkətdir. Lider deyəndə o fərdin istək və tələbləri təmin olur. Məncə, yəni o kəlməsi belə gözəl bir kəlmə deyil. Güya bu partiya heç bu lider yəni burada mövzuyyətdir. Halbuki bir daha siyasi partiyada tamam üzvlərin fikri filanın əks olmağı orada lazımdır. Ona görə sözçü qavramı daha çox düzgün bir şeydir. O gün sizin danışıqlarda bir yerdə eşitdim ki, bu sözçü Farsdan gəlib, necə filan bir acayip bir söz gəldi quralma. O sözçü. Yox, orada da sözçü buydu ki, əvvəlin dəfə sözçü götürüblər liderlə müxalifətdə, amma indi görürlər ki, dövlətlərlə danışanda, rəsmi yerlərə gedəndə cavab vermir. İstəyirlər onu qeydlərələr lider ya ona bir ayrı bir məfhumda gətirələr. Yox, o deyil. Yəni baxın, bir partiya ki sözçüsü var, bu partiyanın sözçüsüdür. O partiya dövləti təşkil edirsə, ya başbakan olacaq, ya bir bakan olacaq, vəzir olacaq. Yəni başqa bir şeydir o. Yəni o dövlət məmuru, yəni vəzirdir, müavini vəzirdir filan gedib müzakirə edəcək. Parti başkanı kimi müzakirəmizdir. O partida unvanı sözçüdür və bu düzdür. Lider
bir eski klasik sözdür bu liderler. O zamandan ki hatta ferdi liderler. Yani tarihte burjuvazi tarihinde siyasi partiler dairələrində daha çok eşraflar, yani pullular, kapitalistlerin lider pozisyonda olmalı. Mesela neyse indi 50 yıl bundan qabaq Amerikan reis cumhurlarını görürsən, hamısı sərmayədarlar filanlar. Ama gəldikcə bu yana görürsən Obama, yani normal bir yani bürokrat filan, ya mesela Clinton normal bir bürokrat kimi gəlir mesela reis cumhurbaşkanı olur, ama geçmiş cumhurbaşkanlığı özləri kapitalistlər filandır. Ona göre lider sözü klasik bir rəhbər mənasındadır və düzgün deyil modern camiyə. Tamam. Ama Tamam. sözcü... Onun üstüne çok danışmayaq. Tamam. Sizin prensipleriniz, yani iş prensipleriniz nədir? Bizim sözcüdür. 5 nəfər bizim kadr mərkəzimiz olur. 3 nəfər yaşlı insanımız var, ya yaşlı insanlarımız. 3 nəfər komitə mərkəzi müşaviri olur. Ondan sonra her 2 ildən də bir komitə düzəlir. Yani kongre kazanılır ve yeni teoriler ve yeni təsviblər ve devam edir. Mesela insanlar da komitə mərkəzində dəyişilir ya dəyişilmiş. Yani prensipler deyəndə, prensipler istediğimiz amaclar, yani məramnamədə olduğumuz amaclardır. Yani onlar nədir? Azerbaycan'da bir federal devlet, İran'da bir radikal demokrasi bizim şuarımızdır. Ve aynı halde bizim bir tane bir teorumuz vardı Türklerin hakkında. Onun adı, yani geçen kongrede təsvib olunmuş bir sənəddir. Paralel stratejidir. Türklerin İran'da durumlarına göre paralel eden 2 stratejiləri vardı. Bir strateji Azerbaycan'da yaşayanlardılar ki, Azerbaycan'da devlet kurma bir stratejidir. Azerbaycan'dan işte yaşayan Tehran, Çərəz falan ve başka yerlerde yaşayanlar İran'da radikal demokrasi kurulmasına çalışmalıdırlar. Yani bu paralel strateji bu bir xalqın 2 stratejisidir. Yani Azerbaycan'da devlet kurma, başka yerlerde aynı haldaki autonomiye çalışırlar, öz bölgelerini idare etmeye çalışırlar, ama İran'da demokrasi, radikal demokrasinin kurmağına çaba gösterirler. Bunun adı paralel stratejidir ve bizim təşkilatımız bu paralel stratejiye çalışır. Bizlə Azerbaycan başka fərqli təşkilatlarının əsas fərqi budur ki, o birisi təşkilatlar, yani umumiyyətdə istiqlalçıdırlar ve yalnız Azerbaycan'ı kurtarmak isterler. Bugün İran'da bu dikkat ettiğimizde Azerbaycan'da yalnız 10 milyon insan yaşır. Yani 10 milyon diye hamısı da Türk değiller, ama 10 milyon diye insan yaşayır. Ama İran'da eğerse Türk milletinin 40% cemiyet təşkil edir, 40% İran'ın 85 milyonu ile 32 milyona təqabül edir. Yani 30 ve 32 milyon Türk var İran'da. Onun yalnız 10 milyonu Azerbaycan'da. Başka partiyalar İran'da yalnız o 10 milyonun potansiyeliyle Azerbaycan'ın milli müqəddəratını təyin etmeye çalışırlar. Ama bizim partiyamız 32 milyonun potansiyeliyle hem Azerbaycan'da ve hem Azerbaycan eşitdə Türk xalqının məqsədlərinə çabasını göstərməkdir. O 32 milyonun potansiyeline istifadə etmək istəyir. Canım Şabili, bu sözümüzde prensipleri danışacağıq, çok güzel prensipler, ama sizin de alan burada Azerbaycan'dan bir tarif verin. Azerbaycan'dan mənzurunuz haralardır? Bizim siyasetimizde mən günah danışıqlarım vardı bu sahədəki. Əcəba biz bu günləri siyasi xəritə vermə, yani bizim hərəkatımızda partiyaların siyasi xəritə vermə düzgün mü? Biz bundan muxalifik. Ama bu demek değil ki biz bilmirik ki Azerbaycan'ın bölgeleri haradır. Ya Azerbaycan değil, Türkiye yaşayan bölgeler haradır. Bakın burada biraz mürəkkəb məsail vardır. Əvvəla biz rəsmi xəritə verməklə müxalifik. Niyə? Çünki bu siyasi hərəkətlər ki var İranda. Mesela diye İranda Farslarla Türklər, Türklərlə Kürdlər, Kürdlərlə Lorlar, Lorlarla Ərəblər, Bəluçlarla Farslar. O sınırlara yetişəndə bir seri ora mənimkidir, ora bizimkidir, bura bizimkidir məsələsi meydana gəlir. Rəsmi xəritələr yayılırsa siyasi hərəkətlərin tərəfindən, əməldə bu hərəkətlərin, xalqlara aid hərəkətlərin arasında çəlişki və çatışmamazlıq meydana gəlir. Yəni siyasi gücü İran rejiminin qarşısında zəiflədir. Ona görə biz rəsmi siyasi xəritənin yayılması ilə müxalifik. İkincisi, rəsmi siyasi xəritənin yayılması bizə topraq verməz. Bizə siyasi gücümüz topraq verər. Nə qədər bu hərəkət güclü olursa, xalqın dəstəyi olursa və milyonlar insan bu hərəkətin dalısında olursa, onda onlar topraqları da bəlli edərlər. Yəni bəlli olar ki, biz hara sahibi, hara sahib deyilik. Ona görə
xəritənin verməsi biraz formalisti fəaliyyətdir, dərin fəaliyyət deyil və hətta xalqlar arası çəlişkiyə də səbəb olan, hətta indiyə qədər də belə olubdur. Yəni, baxanda görürsən, məsələ, filan hərəkət, siyasi hərəkət xəritə verdi, Azərbaycanın filan yeni getdi, məsələn, filan bölgəsi keçib o toprağına. Və ya Azərbaycanlılar və keçib oraya, ya ərəblər keçibdi, məsələn, Farslan bölgəsinə və amma sizin hər halda zehninizdə bir Azərbaycandan Türkiyələr Azərbaycan o 10 milyon dediniz hardadır? Hangi şəhər, ya hangi ustanlara şamil olur? Hangi şəhər deyil. Azərbaycan, biz yaşadığımız, yəni Azərbaycan deyil, Azərbaycan və Türk xalqının kompakt yaşadığı bölgə. Bax, məsələ deyək, Zəncana qədər, bəzən Zəncan da Azərbaycan hesablanmır. Çünki diqqət edərsiniz, milli hökumətin dövrüsündə mərkəzi hökumət Zəncanı milli hökumətin əlindən aldı. Ki, bura Azərbaycanın tarixində yoxdur. Yəni, oradan aldı və onlar da verdilər. Çünki zəif mövqedə edilər, verdiləşim yox. Bəziləri gəlirlər, deyirlər bizimkilər, Qəzvin də Azərbaycandır. Bəzi deyir, Tehran da Azərbaycandır. Biz deyik, bəzi Kərəzlə Tehran Azərbaycandır. Baxın, biz Kərəzlə Tehranı Azərbaycan saya bilmərik. Bizim əsli məsələmiz budur. Azərbaycan və Türkiyənin sınırlarından başlanıb, Tehrana yaxınlaşa Həmədan və mərkəzi Ustana, o bölgələrin hamısında kompakt formada yaşayan türklər ya mütləq əksəriyyət, yəni 51%, ya nisbi əksəriyyət, yəni məsələ deyək, ən çox yaşayan xalq, o şəhərlərdə yaşayan bölgələr türk bölgələri və türk vətəni sayılır. Yəni, türk millətinin vətəni sayılır. Bunu bir daha parantez açın, bu mənalı deyil ki, burada türklərdə çox başqa adamlar yaşamırlar. Azərbaycan türklərdə çox başqa xalqlar yaşır, onlarda hər bir başqa xalq üçün orada bərabər həqqi sahib olmaq lazım. Biz indi Türk hərəkatının, yəni Türk Milli Demokratik Hərəkatının hərəkətlərindən danışırıq, siyasi məsələlərindən danışırıq. Yoxsa gələcək Azərbaycanda qurulan dövlət türklərin dövləti deyil, Azərbaycanlıların dövləti olmaq lazımdır. Baxmayaraq ki, orada türklərin sayı çoxdur, Azərbaycanın rəsmi dili türkçə olacaqdır, nəyi türkçə olacaq, amma yəni eğitim dili türkçə olacaq, amma başqa xalqlarında beynəlxalq uluslararası hüquqda nə varsa o hüquqlara sahib olmaqlar lazım başqa xalqlar. Bunu burada parantez açım aydınlaşdırın. Bəzi adam, bizim bir qrupumuz var, qruplarımız var. Siyasi qrupda adın qoyur ki, Azərbaycan Türk dövləti yaradacaq. Bu mənim nəzərimdən ırqçı bir hərəkətdir. Bu yəni Azərbaycanda qeyri-türkləri rəsmiyyətə tanımaq mənasına gəlir. Ona görə bizim bugün Türk Milli Hərəkatı dediyimizdə Azərbaycanda gələcəkdə qurulan dövlətin əsli motoru sayılır. Çünki bu güc olmasa o dövlət qurulmaz deyə düşünüb ona çalışırıq. Ona görə bu dövlət, yəni kompakt formada Azərbaycan və Azərbaycandan çıxdı Tehrana tərəf. Haralardakı türklər, şəhərlər və kəndlərdə mütləq əksəriyyət və ya nisbi əksəriyyətlə türklər təşkil edilir, onlar türk xalqının vətəni sayılır və gələcək qurulan Azərbaycan adı daşıyan dövlətin çərçivəsində yerləşməli lazımdır. Çox sağ olun. Mütləq əksəriyyət bir də nisbi əksəriyyət. Bunu hərəsində bir cümlə. Çünki indi mütləq əksəriyyət yəni ki, bir dənə şəhərin 51% millət türk təşkil etsə, ora mütləq əksəriyyətdir. Əgərsə bir dənə şəhərdə deyək 3 türk cəmiyyət var, məsələn 30% ən böyük xalq 30%dir və onlar türklərdirlər. Başqaları 20%, 10%, 15%lər. Ora nisbi əksəriyyəti olan bölgə, şəhərlər adlanmış. Tamam. Təşəkkür edirəm. İndi sizin təşkilatın prinsiplərinə yenə qeydək. Dedik ki, prinsiplərdən danışırdıq. Daha nələr var prinsiplərinizdə? Yəni, ədalət ictimai var prinsiplərimizdə. Biz bir sosial-demokrat təşkilatıyıq. Biz nasionalist deyirik. Biz sosial-demokratıq. Bizim qurucu babalarımızın hamısı... Sosial-demokratın türkçəsi nədir? Sosial-demokratın türkçəsi sosial-demokrat. Yox. Baxın, Türkiyədə də sosial-demokrat işləm. Mən tapmadım fərz eləyin. Fərz eləyin ki, mən ingilisi bilmirəm. Məndən türkçə danışın. Yəni, mən indi bilim ki, sosial-demokrat türkçədə nədir? Baxın, Türkiyədə... Toplumsal nə? Yox, bizə onun haqqımız yoxdur, o cür tərcümə eləyək. Türkiyədə CHP bir sosial-demokrat partisidir.
ad deməzlər. Türkçü sözü yoxdur onun. Türkçü sözü sosial demokratdır. Sən gedəcəksən internetdə vuracaqsan sosial demokrat nə demək? Orada bir 3-4 paragraf, bir kitab oxuyacaqsan. Tamam. Yəni onun türkçü sözü yoxdur. Yəni addır bu və türküdür də. Yəni baxın, sözlər ki, məsələn, Latin dilindən gəlib, hər bir dildə başqa dillərin borcu olunmuş sözlər var. Türk dilində də var, fars dilində də var, İngilisdə hər yerdə vardır. Ona görə gəlib bir söz işlənirsə və o dilin yapısına girirsə də o söz o dilə sahib, yəni o dilə aid bir sözdür. Ona görə biz onun özümüzdən ona məna, yəni qurmağımız düzgün çıxmaz. Yəni Türk dilində sosial demokratdır. Hər kim bilmirsə nədir? İcazə buyurun, mən burada bir dostlardan bir xahiş edeyim. Siz davam verəcəksiniz, amma mən burada dostlardan bir xahiş edeyim. Dostlar, əgər imkan olsa yoldaşlarınızı çağırın, aşağıda bir ox başı var, onu vurun, dostlarınızı çağırın, oradan mümkün çoxalsın. Demək olar ki, indi feilən 19 nəfər baxırdı bizə. Tamam, buyurun siz devam edin. Qoyun mən sosial demokrasinin haqqında bizə danışım sizə. Buyurun. Biraz sosial demokrasiyadan sizə deyim nədir? Yəni sosial demokrasi bir tərəfdən yəni sosial ədalətin tərəfdarı olan bir əndişədir. Yəni yoxsul kəsimlərin dövlət himayətində olmasının tərəfdarıdır. Yoxsul kəsim və məmləkətdə sosial dövlətin qurulması, yəni toplumun yoxsul kəsimləri, zəif kəsimləri, məsələn deyək əngəlliləri, uşaqları, bu kəsimlə güclü vasitədə dəstək vermək lazımdır. Sosial demokrasinin əsli məqsədlərindən biri eşit, hər kəsə, hər bir vətəndaşa eşit şərait, bərabər şərait yaranmaq lazımdır. Bərabər şəraitdən istifadə etmək lazımdır. Yəni, bunun məktəbi var, onun məktəbi yoxdur. Bunun, məsələn, bəzi görürsən də ölkələrdə, bəzi yerdə məsələn, mədrəsə, məsələn, İranda, Bəluçistanda uşaqların sicillisi yoxdur, məsələn. Halbuki bir sosial demokrat ölkəsində, yəni ideolojisi əsasında qurulan devlətin mümkünat içində deyək ki, uşaq qeydiyyatdan geçməsin, ona yetişməsin. Yəni, uşaq birinci dərəcədə önündə gələn bir faktordur. Yəni, eşit bərabərlik yaratması budur ki, hər uşağın şərait yaranır ki, eşit bərabərdə istedadlarını dəyərləndirsin və yəni, gəlişməyə bir şərait imkan tapsın. Tamam uşaqlar. Nəinki bir təbəqənin uşaqlarına imkan verirsin, o bir təbəqələr ozucu qalsın durumda. Yəni, ədalətpərvər bir düşüncədir. Yəni, məsələn, sizin sistemdə xüsusi mədrəsə olmayacaqdır ki, pullular balalarını göndərsinlər? Sosial demokrasinin, əlbəttə, sosial demokrasinin sağı var, solu var. Yəni, radikal sosial demokrasi xüsusi mədrəsələri sevməz. Amma bunun açılmasının da qarşısını almaz. Amma hər bir məktəb və mədrəsə açılırsa, mütləq gərək məmləkətdə olan qanunlu, eğitim haqqında olan qanun nədirsə, orada da o emal olsun. Yəni, özəl bir imkanlar mümkündür, mali cəhətdən bir imkanatdır, amma həqiqətdə bir gerçək sosial demokratik ölkədə o cür şey olmamaq lazımdır. Amma qarşısı da alınmaz. Yəni, o da qalıbdır siyasi güclərin toplumda çəkilməsi. Nə qədər güclüdür sosial demokrasi, nə qədər, məsələn, 20% rəy var, 30% rəy var, yəni %40 rəy var, %50 rəy var. Əgər rəyi 50-dən artıq olsa, o cür məktəblər qurulmaz. Amma aşağı olursa, təbiyyətən başqa partiyalar rəy gətirib, o cür məktəblərin açılmasına məclisdə səs verə bilərlər. Amma sosial demokrasinin ayrı mövzulardır. Yalnız bu deyil, yəni çox geniş vasitədə ədaləti camiədə bərqərar eləmək söz konusudur. Yəni, ekonomi sahədə də sosial demokrasinin fərqli düşüncəsi var. Yəni, bir liberal demokrat dövlətin əndişəsində dövlətin iqtisadiyyata müdaxilə eləməməyi gərəkir. Yəni, bir dövlət deyir ki, yalnız toplumu organizə etməkdə və toplumdan maliyyat almaq vasitəsilə, vergi maliyyat almaq vasitəsilə dövlətin büdcəsini təmin edir və məmləkət dolandırır. Amma sosial demokrasi idəsi belə deyildir. Sosial demokrasi idəsində dövlət də fəaliyyəti iqtisadi ilə məşğuldur. Və bu fəaliyyəti iqtisadi ilə, kəlam fəaliyyəti iqtisadi vasitəsilə toplumda iqtisadi fəaliyyətə, iqtisadi kompanlara norm verməkdə, yəni keyfiyyətin yüksəlmədə,
onların necə işləməyində ciddi təsiri olmağı lazımdır. Yəni, yalnız bəxşi xüsusi deyil. Bəlkə orada bəxşi taavuni və bəxşi dövləti də bir mühüm rolu kəsb eləməlidir. Fikir edin ki, İranda məsələn yalnız bəxşi xüsusi olsa, orada faciə düzələr. Yəni, elə bir vəziyyət düzələr ki, mümkündür ki, o adamlar acılarından ölər. Amma yəni, İran kimi ölkələrdə sosial-demokratik dövlət həm iqtisadi cəhətdən, yəni dövləti iqtisad, həm müşarikəti iqtisad eyni halda bəxşi xüsusunun azad olması, amma qanun çərçivəsində fəaliyyət etməsini təmin etməyə bir idədir. Yəni, əsasında sosial-demokrasi idəsi toplumda geniş vasitədə ədalətin bərqərar olmasında və hər bir vətəndaşın eşit hüquqlara və imkanlara əl tapmasının təmin olmasını düşünən bir idədir. Yəni, nasyonalist deyirik, biz nasyonalist deyirik. Yəni, bir İranda, məsələn, indi bizim qruplarımızın hamısı nasyonalizm, hətta ifrati nasyonalizm belə. Türkdən sonra başqa bir himayəti olmaz, belə sözlərdə deyilir. Yəni, dünyada belə bir şey yoxdur. Siyasət uyğun bir sözdür, türklərdən sonra başqa dostu yoxdur filan. Siyasətdə dost, düşmən yoxdur, mənfəətdir. Yəni, siyasətin mövzusu mənfəətdir. Ona görə, bu söz ki, deyir ki, türklərdən sonra dostu yoxdur deyə, bu siyasətin bilimi ilə uyğun bir söz deyildir. Amma nasyonalistlər onu tik-şirarən ağzına gətirərlər. Gözəl. Ərz edeyim dostlara ki, dostlar, çoxlu sözlər gəlir, bu sözləri açmaq lazımdır. Amma mən indi burada bir çoxunu açdım, görürəm ki, getmirik qabağa. Bunların hər bölümünün özünün açıq, uzun, məsələn, federalizmə görə uzun bəhslərimiz olacaqdır. Orada konfederalizmi də danışacaq, ekonomiyə gedəndə danışacaq, eğitimə gedəndə danışacaq, bunları danışacaq. Onun üçün icazə buyurun, elə biraz mən çox suallar burada soruşmayayım, elə öz sorularımızla gedək ki, eləyə bilək bəhs aparaq qabağa. Bir dənə təşkilatın, hər təşkilat ola bilər, ən önəmli işləri nədir? Təşkilatın ən önəmli işi yəni nədir? Ən önəmli işləri. Yəni o işi ki görürük. Əvvəl iç qüvvəsini, fikri, teori və təşkilatlanma məsələsini gücləndirib və topluma yayılmasına şərait yaratmaq. Əsli məsələ. Çünki məqsəd bir siyasi təşkilatda hər nə qədər çox cəmiyyətin nəzəri o təşkilata cəlb olması və o təşkilatın nə qədər üzv olursa, o təşkilat o qədər güclənir və gücləndikcə toplumda bir siyasi rol oynamasına şərait yaranır. Gözəl. Sadə, yəni qısa cavab verir də. Bəli. Qısa olub, çünki bunlar atılacaqlar. Sizin dəstəkləriniz təmin olsun biraz. Doğru, təşəkkür edirəm. Bir təşkilatı qurmaq üçün, məsələn, fərz edin ki, bir neçə adam istəyirlər təşkilat qursun. Əsaslar, hangi əsaslar lazımdır bir təşkilat qurmaq üçün? Bir təşkilatın qurmaq üçün dedim, kadri siyasi ki, siyasi teori lazımdır. Yəni, bu da adamda şey olur da, bir insanda ya bir nəfərdə ola bilər, eləyə bilər o siyasi teori 5 nəfərdə, 3 nəfərdə olsun, bir yerə yığsınlar. Bəli. O 3 nəfər, 5 nəfər bir araya gələcəklər. Əgər bir nəfərdəsə o 3 nəfəri tərbiyyət edəcək ya örc edəcək o teorini, ondan sonra o 3 kişi başlayacaqlar təşkilatın formalaşmasına, teorisinin yazmasına, əsasnaməsi, məramnaməsi, sonra bərnaməsi, sonra yavaş-yavaş insan cəlb eləməyə ki, o proqram gerçəkləşsin. Tamam. Sizin təşkilatın mədrəsəsi, okulu, təlim sistemi varmı? Yox. O cür bir şeyimiz bizim yoxdur. Yəni, o kağıda bir təşkilat dəyirik biz ki, o məktəbi falan olsun. Amma hər kim ki, bizə yaxınlaşır və üzv olmaq istəyir, bir sıra mətnlər və materiallar vardır ki, onları, yəni, hizbin idələrin, təcrübəsin, tarixin, siyasətin tarixin və teorinin tarixini bilmək üçün və ya teorinin özünü bilmək üçün o materialları oxumaq və o fikirlərlə tanış olmaq gərəkir. Bu qədər. Yəni, məsələn, indi bir də insanlar vardı şəhərlərimizdə. Deyirlər ki, bu Azərbaycan partiləri, Azərbaycan üçün çalışan, türklər üçün çalışan partiləri nə deyirlər? Sizi burada hardan tapsınlar ki, sizin, məsələn, mən də istəmirəm üzv ola, məsələn. Amma istəyirəm biləm. Bunlar hardan tapsınlar sizin bu düşüncələri, ya hardan öyrənsinlər? Siz hardan bunlara təlim verirsiniz? Gözlər ki, siz də gələsiniz, bir gün orada üzv olasınız, əlbəttə.
başqaları da otur. Bizi tapmaq internetdə çox rahatdır. Yəni birlik.se birlik.se bir adresimizdir. Bu qədim adresimizdir. Bir daha da yeni adres vardı. adparti.org. Bizim yeni Azərbaycan Demokratik Parti.org. Tamam. Yəni orada hani təşkilatı sənədlər bir yer yazır, sənəd təşkilat sənədi vurursan üstünə, orada məramnamə, əsasnamə, sənədlər, fərqli sənədlər, məsələn, Kürt məsələsinin haqqında bəyannamələr verilibdir, sonra yəni nəyə verilib, onlar orada vardılar. Amma mesela bu iki deyərsiniz amacınız bu ola. Mən bağışlayın, uşaq idim inqilab olanda. Amma məsələn bilirdim bu qruplar bəyaniyə verirlər, yazı verirlər, mədrəsə kimi filan, amuzeş verirlər, öyrədirlər tərəfdarların filan baxma. Sizdə belə bir şey yoxdur da, yəni. Amuzeş məsələsi yoxdur. Baxın, dedim, əvvəla bizim burada bizə qovuşan insanlar, yəni çox yetkin insanlarla ümumiyyətlə yaşları, yəni ən azı bir 30-dan, 35-dən filandan çox olur. Məmulən belə olur, yəni. Avropaya cəhəblə, dərs oxumağa cəhəblə, işləməyə cəhəblə, ya məsələn, mühacirdirlər filandılar. Yəni yetkin insanlardılar. Yəni çox gənc deyirlər o mənada ki, məsələn, kilas qoyulsun filan. Normalda bir daha, məsələn, İran kimi toplumda milyon insanın, məsələn, insan partinin böyüməsinə dəxli var. Yəni parti siyasi təşkilatın böyüdükcə o zərurət amuzeş icab edər. Yəni bizim vəziyyətimiz o vəziyyətdə deyildir. O qədər bir şeyimiz yoxdur. Ona görə amuzeşi zərurət də hiss olmur. Amma materiallar, məsələn, amuzeşi materiallar hazır olmaq üzrədir. Yəni hər kəs çalışır, məsələn, cüzvə kitab, məsələn, mövzularda, filan mövzularda hazır olsun ki, məsələn, biri gəldi, üz olanda, məsələn, versinlər ki, bunu mütaliə edin, bizim partiyanın idəsin, təcrübəsinin, tarixini tanımaqdan ötür, bunlarla tanışılmaz. Əslində siz beləsiniz da, siz yəni gözləyirsiniz ki, insanlar gəlsinlərsə, siz insanlara getmirsiniz ki, bizim insanlara bakım, tamam, bəzən tamam ürəklə insanlara gedərik, dəvət edərik, elə indi burada sizi dəvət elədim gələsiz partiyaya. Teşekkür ederim. Biz də gedərik, biz də istərik, bir tədad insanlar var, özləri, məsələn, əlaqə qururlar, gəlirlər və bilsənlər insanlar, məsələn, bizim təşkilatımızda bilsənlər insanlar var. Yox, mənim çox dediyim budur ki, yəni milyonlar, yüzlərlə insanlara, yüzlərlə insanlara. Burada milyon yoxdur və içəri ilə də bizim əlaqəmiz, yəni çox hesabşüdə bir daha əlaqədir, çox ehtiyatlı bir əlaqədir. Yəni təşkilata əlaqə deyil, yəni üçün onun çox təhlükəli bir şeylərə. Ona görə o bir dənə özəl bir durumdur ki, ona baxmaq lazımdır ona. Amma xaricdə vəziyyət elə deyildi. Təəssüflə, məsələn, Azərbaycan hərəkatını hələ burada keçməyək təhlilinə, amma zəif durumdur ümumiyyətdə. Əlarəqmi ki, bizim qoymunda deyim bir, yəni ad çəkmirəm ki, problem düzəlməsin də, siz dediniz ad çəkməyəcək. Mənfilikdə. Amma ad çəkməyəcək. Bəli, amma ümumiyyətdə əlarəqmi ki, bizim, yəni, aktivistlərimiz, adlım aktivistlərimiz çox böyük iddialarda bulunurlar. Hətta deyirlər ki, biri deyir, bizim millətimizi ən böyük millətlərin biri, güclü millətlərin biri göstərmək lazımdır. Niyə bir güclü millət kimi təbliğ etmirik millətimizi deyirlər, amma gerçək o deyil. Bizim millət sayı baxımından çox güclüdür. Sayı baxımından, yəni, 30 milyona təqabül edən bir ədəddir. Çox böyük bir ədəddir İranda. Yəni, İranın 3-dən birini təşkil edir. Düzdür də, həqiqətdir də bu. Çünki İranın məclisində, yəni bu məclis, İran rejiminin bugünkü məclisində o fraksiyon, mənatiqi türk qurulanda onun sayısı məclisdə olanların 31%-in, %31-in təqabül edirdi. Yəni, bugün məclisdə oturan türklər %31-in, yəni xalqın %31 görsəliyi vardı orada, amma nə cür seçilibdir onlar? İslamçıları seçiblər. Yəni, silahçıları seçiblər. Normal insan, yəni bir türk insan onun hədəfini istəyən insanı seçməyib ki, yəni o cür olsaydı daha mümkün yoxsa mütləq sayı çox olar. Hətta orada o bir nümayəndə var, deyir ki, bu fraksiyon içində bir neçə türk də mühafizəkarlıqdan ötürü üzv olmayıblar. Amma məclisdən bulan məclislər. Yəni, bunu demək olar ki, bir türlü bir amar göstərir ki, türklərin sayı İranda, yəni
30'dan 40 arasında kəsindir yəni. Çünki onu bunu göstərir. Amma bizə nə qədər yaxınlaşdılar, uzaqlaşdılar, bu bizim siyasətnamizlə əlaqəlidir və biz əlbəttə bir dənə mühüm bir şey ki var, xaricdə təşkilatlar yaranıb və mən bəzi olumsuz idələr də, ifadələr də bizim içəridə aktivistlərimizdən gördüm ki, əslən onu müsbət qarşılamıram və əslən düzgün bilmirəm. İçəridə İran təşkilatlaşma imkanı yoxdur, yaxçı? İmkanı yoxdur. Burada təşkilatlar qurulub, bəli, biri o yan, biri bu yan, aşağı yuxarı bu təşkilatı təcrübə edirlər. Yəni, nütfəsini qoyublar, gedirlər. Hər kim hansı ideya yaxındır, ona yaxın, hansı o təşkilata yaxınlaşar. Bu mövcud təşkilatlar bir proseye təcrübə geçirdirlər. Bunu dəyərləndirmək lazımdır. Fürsətimiz yoxdur orada. Burada fürsət verilir, bu iş görərik. Sabah vəsl olduğu içəriyə. Zaten yəni, içərinin işi bugün yoxdur. Yəni, vəslılıq ki var. Yəni, kimsə yoxdur ki, mesela bizi tanımaz. Hani düzgün bir aktivist olmuş olsa, meydanda olmuş olsa imkanı yoktur bizi tanımasın ama mesela budur ki bu təcrübəni gözdən atmaq olmaz, bu düz deyil. Yəni biz bunları vəsl edəcəyik və devam edəcəyik içəridə. Bu təcrübəni indi başlamışıq. 20 ildir bu təcrübə edik, yəni 20 illik təcrübə siyasi varımızdır. Olmasa bu, İranda mesela diye şərait yaranında hizb etmək geçsək, yəni bu 20 illik orada geçirdik. Yəni zaman əldən vermişik. Ona görə bu təşkilatlar mənə dəyərlidir, mühümdür. Təcrübə başdan geçirdirlər, ona görə diqqət mərkəzinə alınmalıdırlar. Doğru. Sizin təşkilatın yazılı formatlar, ideolojisi var mı ki, mesela insanlar ya fəlsəfəsi, ya nə bilim bu tür bir şeyləri, düşüncəsi? Evet, o tür bir şeyimiz yoxdur. Bizim yalnız məramnaməmizdə sosial demokrasi sözü və bu siyasəti aparmamız gəlir bir yerdə. Bir yerdə məramnamədə hani sosial demokratik siyasətin olması ələ alınır. Oradaki yani deyirlər ki, əl-aqülü fəl-işarə. Tamam. Təşkilatınızın mali olarak aqilə bir işarə yetər. Orada işarə olub da herkes bilsə onu bilən nə deməkdir və bir daha bir söz deyim. Lütfen buna izin verin. Söz deyim. Buyurun. Bizim bu sosial demokratik bizim yani Türklərin modern tarixdə qurucu babalarının hamısı sosial demokrat olublar. Atatürk sosial demokrat partiyası, CHP Türkiyədə sosial demokrat partiya. Məhəmməd Əmin Rəsulzadə, qurucu babamız əvvəl cumhuriyyəti qurulub sosial demokrat və Milli Hökumət Azərbaycanda pişəvəri, sosial demokrat. Baxmayaraq ki, o zindicanlığında şəxsi komünist idi, amma dövlət quruculuğunda, qanun yazdığında hamısı sosial demokrat qanunun peyrovluq edib və bir sosial demokrat. Yəni bizim modern tarixdə qurucu babalarımızın hamısı sosial demokratlar, bizcə o düz işlər görüblər və düz xətt idilər və biz də o xətti devam etdik. O xəttin devam edəcəyik. Bizim tariximizdə millətçilik əsasında dövlət qurulmuyubdur. Modern tarixdə. Doğru. Buyurun. Sizin təşkilatın mali olarak necə idarə edirsiniz? Onu deməyin ki, vəziyyətimiz xoş deyil. Bizim mali məsələmiz özümüzün, yəni əza ki, üzviyyət haqqı verərlər və himayət malı da gəlir. Bəzən məsələn mən görmüşəm məsələn bir aktivistdir, yəni öz işləyir falan. Məsələn üzvümüzdür, hətta bu adam var ki, üzvümüz dəyəri. Məsələn pul göndərərlər, kömək maliyyə. Böyük pullar olmaz amma yəni az da pullar olmaz. Onların yığışanda bir yerə bir şey olur və biz məsələn çox işlər görmüşük. Biz Azərbaycanın özdə zəlzələ olanda pul yığını göndərilir. Yəni təşkilat ora pul göndəribdir. Məsələn çox ayrı işlərdə görülüb. Nəticə yalnız o məsələn indi seminar keçdi, əxirən Almanda keçirdiyimiz seminara elə dostlarım və bu kampanik vermişlər, bu aktivistlər pul köməkliyi arasında onların köməkliyi ilə oldu və qəşəng keçdi və problemimiz də olmadı. Təbiətən qısıtlı vəziyyətimiz var. Yəni himayəti malı o mənada, yəni güclü himayət malı yoxumuzdur. Amma hər halda yəni durumumuza görə mən çox da narazı deyiləm. Gözəl. Siz özünüzü Azərbaycan Partisi və təşkilatlarının birinin lideri görür. Əlbəttə cənabınıza bu sual olmur da. Yəni siz müsabiqsiniz. Bu sualı vermeyeyim da. Siz partinin özünüzü lideri görürsünüz yoksa deyə bilərsiniz ki, sizin parti özün lider görür Azərbaycan hərəkətinə. Elə istəyirəm o cür eləyim. Ya ki siz Azərbaycanın lideri görürsünüz. Aha. Baxın, qəşəng sualdır. Buna dəqiq cavab lazımdır. Yəni, bir dəfə də soruşum, çünki dostlar qulaq asırlar. Burada sizin
çünki sizin pozisyonunuz partidə şeydir, müşavirdir. Bəlkə sizi tutmur, amma bunu mən deyim, siz o sözcülerinizin tərəfindən də bunu deyə bilərsiniz da. Mən fikir edirəm deyə bilərsiniz. O sözcü özün partinin lideri görür, yoxsa Azərbaycanın lideri görür? Hər siyasi partiya fəqət özünün nümayəndəsidir. Hər bir siyasi partiya partiyanın nümayəndəsidir, partiya üzvlərinin nümayəndəsidir. Başqa adamın nümayəndəsi deyil, xalqın nümayəndəsi deyil, ola bilməz. Xalqın nümayəndəsi odur ki, məclis seçimlərində birindən, xalqdan rəy alıb məclisdə oturub. O xalqın nümayəndəsidir. Heç bir parti iddia edə bilməz ki, biz xalqın nümayəndəsi. İddia edirsə, yəni siyasətdən bilmir, təcrübəsi yoxdur, ya çox ifrati bir insandır və fikir edir ki, xalqa qərar vermə mövqeyindədir. Yoxsa hüquqi cəhətdən yalnız milli məclisdə gedən nümayəndələr xalqın nümayəndəsidir. Başqaları, partiyalar fəqət öz nümayəndələrdir. Liderdir, partinin lideri, toplumun lideri də, Azərbaycanın lideri də. Azərbaycanın lideri məclis-i millidə bir başbaxan seçiləcək, ya nüxus vəzir seçiləcək. O məclis seçilən ya bir cumhurbaşqanı deyə olacaq. O məclis seçən insan Azərbaycanın lideridir. Yani parti lideri gülünç bir şeydi. Çünkü Şimdi o lider ki məclis seçti, o daimi liderdi yoksa geçici lider? Elbette ki daimi ola bilmez. Yani diktatorluk yoktu ki burada. Məclis deyəcək ki, abi nüfus vəziri 4 illik seçilir. Qanun əsasında yazılır burada. Bu məclis 4 illik olacaq, 5 illik olacaq. 5 il ondan sonra bir yine seçim olacaqdır və partiyalar başqa parti mümkündür çoxluğunu gətirə və başqa partinin lideri məsələn başbakan olsun gələn dövrdə. Yani daimi. Partide de o cürdü ya partide de sabitdir, daimidir. Əcəb bir demokrat parti isə bizim kimi məsələ orada daimi rəhbər ola bilməz. O gülünc olar çox. Yani ama bir daha da burada bir azı tecrübeden size diyeyim yani bu siyasi partiyalarda. Siyaset çok böyle mürekkep bir faktördür ve siyasi tecrübe çok mürekkep bir meseledir hakikaten. Yani bir insan gibi uzun zaman müəyyən şeyde vaxt sərf edir ki, hakikaten güc, hani bir teorik ve tecrübi güc tabii olur kadri siyasi. Sen bazen partiyalar deyir ki, yaxşı biz gələr məsələn kadri siyasidir bu. Məsələn A, B, məsələn B o da kadri siyaseti ama onun tecrübesi ondan azdır. Bu liderliği kime tapşıraq? Deyirlər ki, mesela A, B'ye, C'ye, C'ye tapşırsaq, o az tecrübeyle partinin başkanında otursa, sözcüsünde otursa, belki mesela yaxşı olmaz falan. Yani bu pozisyonların, yani bu tecrübeli kadrların o gücləri, pozisyonu partiyanın içinde dəyişməyə biraz problem yaradır. Buna partiyalar bir iş görməlidirlər. Ve partiyalar evvela mesela kadıncıl bir yani harekette yani toplumda bu için indi harekatın kadın kişinin ya kadın erkeğin beraberliği mesela partiyanın içinde təmin olmağa gerekir. Eyni halda siyasi kadrolar cavan kadrolara yer yani partinin içinde irəli getmək üçün fəza yaratmalıdırlar. Bunlar bazı problemler ki təşkilatlar içinde vardılar ama onlardaki otoriter mesela özdə iddia edilir mən rəhbərəm məsələn bunlar var ya yoxdur. Herhalde belə bir iddiası orada o otoriterizm var. Diktatorluqdur yani onun adı. Sadə adı. Yani modern adı yani modern edebiyatta diplomasi dilinde otoriter bir rəhbərdir deyirlər. Ama onun gerçək bir diktatorluq. Yani İndi orada bu sualı soruşum sizdə. Liderliğe, lider düşüncəsinə necə baxırsınız, necə görürsünüz? Mən şəxsən baxın modern camiədə, modern toplumun təğyiratını, dəyişilməsini cəmi bir liderliğə inanan birisiyəm. Yəni bir nəfərə tapşırdınsa, o bir nəfərin şəxsi əlaqə, şəxsi mənfəətləri, şəxsi durumu, öz pozisyonu güclərini, öz pozisyonunu daha gücləndirmə zehniyyəti eləyə bilər, kolli hərəkəti hizbi xəttindən çıxardıb bir başqa, yəni zəiflətməyə tərəf götürsün. Məsələn, ona görə mən bu sözcü məsələsi dəqiqən ondan ötürü meydana gəlib ki, bu müştəbeh olmasın ki, bu adam siyasi partiyanın sahibidir. Sözcüsən sən, lider yox, sözcüsən. Yəni bizim sözümüz deyənsən. Ona görə o müştəbeh olmaq ki, mən liderəm və 2 dəfə, 3 dəfə seçilə, 4-cü dəfə heç vaxt istəmirəm təxtdən düşəcəyə,
orada biraz problem ciddiləşir. Ona görə mən şəxsən bir hizbin hərəkətində cəmi qərarların olması və cəmi liderliğe inanan birisiyəm. Baxmayaraq ki, bir sözcüsə seçsən, bir nəfər, iki nəfər, əlbəttə normal olaraq iki nəfər seçilir. Bir ağa, bir xanım sözcü seçilir modern partiyalarda. Hani üçün o eşitlik de təmin olsun. Ağa, xanım eşitliği de təmin olsun. Ama PÇ'de yani biraz mürəkkəb bir vəziyyətdir ki, orada bilmək lazımdır ki, əsas məsələ yani partiyanın qərarıdır. Lider ya mesela o sözcünün değil. Sözcü bunu bilməlidir. Baxmayaraq ki, sözcüdə yani partiyanın en güclü kadrıdır. En güclü kadrıdır. Yani, ama o bilməlidir ki, partiyanın qərarından xaricdə hərəkət edirsə, partiyada yani mücazat olabilir və eləyə bilər pozisyonunu itirsin. Yani partiyanın içinde demokratizmi gücləndirmək lazımdır ki, parti sözcüsü və lideri adlandıranlar özləri öz hesabını geçsinlər ki, mən xətdən çıxıb bir şey desəm, pozisyonumu itirə bilərəm təşkilatda. Onda o təşkilat düzgün bir yani pozisyonu liderliğe çata bilər. Yəni, cəm orada rəhbərlik mövqeyindədir, nə bir nəfər. Güzel. Sizin bayrağınız var mı? Partinin bir bayrağı var mı? Partinin bayrağı yoxdur. Partinin bayrağı ola bilməz. Partinin simgəsi var. Bir logosu var. Bizim de bir logomuz var ki, logomuzun mərkəzində Urmu gölü yerləşir. Ondan sonra onu göstərə də bilərəm sizə. Evet, indi burada hazır yoxdur. Tamam. Ama bizim təşkilatımız bir Azərbaycana üçün bir bayraq təklifi vardır. O cür deyilmək lazımdır. Partiyalar heç zaman, heç partiyanın haqqı yoxdur ki, desin mənim bayrağım Azərbaycan bayrağıdır. Azərbaycanın bayrağı məclisi, Azərbaycanın məclisində təsvib olar. Yəni, hüquq icab edir ki, məclisdə bir dənə bayraq, bu bayraq Azərbaycan təsvib oldu, o olur Azərbaycan bayrağı. Ondan qalan bayraqların hamısı gələcək Azərbaycan devlətinə təklif olan bayraqlardılar. Baxmayaraq ki, bəziləri iddia edir ki, yox, bu elə Azərbaycan bayrağıdır. Elə bir şeyimiz yoxdur. Biz bir bayrağı, bilirsiniz, qoyun bunu bir işarə edeyim. Qadın yaşam azadlıq hərəkatı etirazlarındakı bir inqilabi mahiyyətlə tapdı. Hətta rejimi biraz da mütəzəlzil elədi, eləyə bilərdi. Yəni, çox ciddi təsirləri olsun. Bu ərəfədə mərkəzçilər bayraq çıxardıdılar o şeirlə, şiir xorşidlə. O, əlbəttə, o bayraq məşrutə inqilabının, məşrutə məclisinin təsvib elədiyi bayraqdır da, bildiyiniz kimi. Hər halda, yəni Qacarların bayrağıdır o. Bilmək lazımdır. Onlar ki, deyirlər, Qacarlar milli dövlətimizdə, onda özlərinin milli bayrağı bilməlidirlər. Amma bilmək istəmirlər onu. Hər halda, o bayrağı götürənlər mərkəzçilərdir. Kütlər öz bayrağını çıxartdılar meydana. Ləndəndə savaş oldu, vurdular da filan elədilər, amma bayrağı saxladılar. Hər bir təzahürat oldu, kütlər 5, 3, 10 nəfər, 50 nəfər gəldilər, o bayraqlarını çıxartdılar. 3-5 bayraq çıxartdılar. Bizimkilər o təzahüratda da iştirak eləmək istəmədilər. Biz orada bayraq çıxardacaqdıq, taxacaqdıq, dalgalandıracaqdıq və İranın media, film, cəmaət şirkət edir şeylərdə 3 dənə bayraq görəcəkdilər dalgalandır o təzahüratlarda. Azərbaycanın bayrağı, kütlənin bayrağı və mərkəzçilərin bayrağı. Elə bir iş olmadı bizimkilərdə. Ona görə o böyük bir yanlışlıqdır. Çox böyük bir yanlışlıqdır ki, bu istiqlal tələbanə zehniyyət İstəmir gəlsin bu təzahürat. Deyirlər, İranlılardılar, Farslardılar, kimlər. Sən bir siyasi hərəkətdə görünməsən, yəni yoxsun. Meydani hərəkətdə görünməsən, sən yoxsun. Biz də orada, məsələn, bizi gəlib deməyəcəklər ki, Həsənsən, Hüseyinsən. Bayrağı görəcəklər, sonuçlar o nə mənədir? Azərbaycan bayrağı. Bu qədər. 5 dəfə, 3 dəfə, ondan sonra səndən soruşan olmayacaq. Hər kim soruşanda biri-birindən soruşan deyəcək, oladır bu Azərbaycandan bayrağı. Yine burada bir çalışıya gelirik. O da budur ki, siz buyurursunuz partilerin bayrakları Azerbaycan bayrağı olabilmez ama eyni halda deyirsiniz ki orada olsaydık Azerbaycan bayrağımız olacaqdı. Burada bir çelişki var. İndi deyirəm, çelişki yoxdur həqiqətdə. Bizim tariximizdən xəbərsizliyimiz var orada. Çelişki yoxdur.
Bizdə bir dövlət qurulubdur. Necə Qazi Məhəmməd dövlət quruldu, bayrağı çıxartdılar. Bizdə də milli hökumət qurulur. Hansı bayrağı çıxartdı, bayrağı çıxartmalıyıq. Tariximizin, yəni tarixi bayrağımızdır. Pişəvəri milli hökumətin bayrağı. Siz baxın orada təzahüratlara ki, filmlər çıxarılır milli hökumətin üstü. Hansı bayrağı götürürlər və o bayrağı məclisdə çıxardırlar. Yəni İranın bayrağıdır, mərkəzində milli hökumətin ali milli nişanıdır. Yəni, bugün Firqe Demokratı Azərbaycan o çıxardır. Firqe Demokratı Azərbaycan Firqe Demokratı Firqəsi o bayrağı götürür. Niyə? Çünki milli hökumətin bayrağıdır, bizim devlətimizin bayrağıdır. Yeni bayrağa gərək yoxdur. Biri gərəlir, biri ağılır, biri xət çəkir, biri orun çəkir. Bunu ehtiyac yoxdur onlara. Milli hökumətin bayrağı nə idisə biz onu götürməliydik. Sonra əgər məclis qurulanda o bayrağı dəyişmək istəyirsə, əlbəttə. Məsələn, indi biz bir daha bayrağı çıxartmalıydık. Milli hökumətin zamanında bayraq gəldi, onu çıxartmalıydık. Yəni, tarixi bayraqdır. Onu kimsə oyan-buyan eləyə bilməz. O bayraq çıxacaqdı. Sonra gəldik, Azərbaycan dövlət quruldu, məclis quruldu. Məsələn, bir partiya gəldi ki, yox, biz bu bayraq deyil, bu bayraq məsələn İran bayrağına oxşur, nəyə oxşur filan, bunu belə eləyək, bu rəngə keçsin məclisə, məclisdə ayrı bayrağı təsvir etsin. O olar Azərbaycan bayrağı. Olar. Amma bugün bu çeşitlilik ki, bu sahədə var, o gözəl bir şey deyildi. Əlbəttə, demokratik açıdan hər kəsin haqqı var ki, bir təklif eləsin. Yəni, hər bir partiyanın haqqı var, Azərbaycan gələcək, Azərbaycan bir bayraq təklif eləsin. O bir, yəni, antidemokratik bir iş deyildir. Amma əqlaniyyətə gəldiyimizdə, birləşdiyimizdə, düşündüyümüzdə, bir güc kimi meydanda olduğumuzda, bir simgə ilə meydana çıxdığımızda tariximizə dayanacaqdır. İydəmizə, armanımıza, mən filan yerdən təsir almışam, filan onlara yox. Siyasi tariximiz nə deyir, onu da alsa gedəcəkdik. Firqə hökuməti, milli hökumətin bayrağı nə idisə, onu çıxartmalıydık. Biz də bayrağa inanırıq indi. Onu Azərbaycan bayrağı kimi götürürük. Amma Azərbaycanın dövləti qurulandan sonra hansı bayrağa qərar verəcək, onu olar bilirlər. Güney Azərbaycanlılara və türklərə, onlar ikisilər sizi tanıyırlar, siyasətinizə maraqlıdırlar, partizə maraqlıdırlar, təşkilatınızın amaclarına, özünə, istəklərinə, planlarına, məramnaməsinə. Bunlara bir hardan bunlar sizə, əlbəttə işarə elədiğiniz zaman bu da bir şey, o sizi bu yazı şəkildə oxuya bilərlər, tanıya bilərlər, hardan bunlara yetişirsiniz? Əlbəttə işarə elədiğiniz 2 dana web-saytınız var. Daha nəmənəz var? Var, sosial media var. Məsələn, tamamen bu sosial medyada bizim səhifələrimiz var. Yəni, bu Instagram'dır, bu şeylərdir. O zaman internet səhifəcilərində orada yazır da şeylərimiz, sosial medyada adlarımızı filan. Orada yazır. Aha, tamam. Və eyni halda mənim də bir daha şeyim var, səhifəm var, YouTube səhifəm var ki, məsələləri teorize eləməkdə özüm danışıram, ora qoyaram. Yəni, öz səhifəmdə yayaram. Ora da bir daha mən bəlkə məndən tanış olmam. Məndən daha tanış olsalar güzel olar, amma təbiətən partiyada başqa şeylər hükümə sahibdir. Yəni, məqsud, mən daha çox teorik məsələlərlə məşğul olan və onu daha çox sevərəm orada. Orada biz axsaqlıq var, orada əskiklik var, orada iş yoxdur. Ona görə yəni, orada o sahədə çalışıram. Yəni, ipuçları tapmaq üçün düzgün teorilara. Bu qədər. Sağ olun. Pəs biri də onlardan YouTube oldu. Bəli. Ki, mən də orada görürəm. Sizin danışıqlarınızı görürəm. Məmulən 13 dəqiqəlik, 14 dəqiqəlik. Bəzən də 18 dəqiqəyə çıxır. Amma qısa-qısa... İndi vaxt olmur ki, yəni nə qədər imkanı var ki, çalışır ki, qısa olsun. Fürsət yoxdur, yəni minlər video filan cəmaatın vaxtı yoxdur axı. Ona görə mən çalışıram ki, nə qədər qısa ipuçları verə bilsək ki, bizə, yəni dedim, əvvəldə bir söz dedim sizə, yəni aqilə bir işarə yetər deyə. Bəli. Sizin təşkilatınız özün, haranın, kimlərin və hangi coğrafiyanın siyasi təşkilatı bilir? Biz dedim, bizim siyasi partiyamızın stratejisi paralel stratejidir. Biz Azərbaycanda, yəni üzvlərimiz ki, Azərbaycanda yaşayırlar, Azərbaycanda dövlət quruculuğuna çalışmaları lazımdır. Onlar ki, Tehranda yaşayırlar bizim üzvlərimiz, Tehranda, Kərəzdə, Qumda və ya Qaşqayada bizim üzvümüzdür, ya məsələn Məşəd Xorasan, onlar öz bölgələri idarə etməyə çalışmalıdırlar. Məsələn, Xorasanda ki, bizim partiyamızın tərəfdarıdırlar, Xorasanda türklərin autonomusunu yaratmağa çalışmalıdırlar.
Qəşqaylar öz bölgələrini idarə etməyə çalışmalıdırlar. Yəni Qəşqaylar Azərbaycana çalışmamalıdır. Öz Amma bölgələrini idarə etməyə. İranın içində, yəni İran var və İranın içində. Bəli, bizlə istiqlalçıların fərqi budur ki, biz İranın içində bu məsələnin çözümünə çalışırıq iki səbəbə görə. Bir, İrandan ayrılma mövzusu bizim kontrolümüzdə deyil. Bizim millətimizin hamısı da desə istiqlal, desə ki, siz də bilirsiniz. Bu bizim partiyalarımızın vəziyyətidir da bundan istiqlal. Yəni hamısı amma gələ deyə bax Kürdlər. Ərəbdə Kürdlər hamısı %90 dedilər biz istiqlal oldu. Yox. Niyə? İstiqlal olan dövləti gərək dünya dövlətləri rəsmiyyəti tanıyır. Qebrəsdə bir dövlət qurulubdur. Kuzey Qebrəs Türk dövləti. Ora 50 ildir yaşayır. Ora rəsmiyyəti tanıyıb. Ora bir dövlət olubdur. Yox. Pəs istiqlalı biz deyirik qərar verir. Xarici dövlətlər. Biz bir partiya kimi xarici dövlətləri strateji əsasında strateji qura bilmərik. Amma İranın içində istiqlaliyyətə yürümə mümkündür. İranın iç qanunları. Yəni biz eyni haldakı federal nizam və demokratik bir nizam siyasi istəyir İrana, eyni halda istərik ki, anayasaya 50% cəmiyyət, yəni İranın müəssis məclislərində əgər bizim kimi düşünənlər 51% təşkil edərlər, %51 nümayəndə təşkil edərlər, ora İranın anayasasında bölgələrin ayrılma, de facto ayrılma haqlarının rəsmiyyətin orada tanımaq olar. Əraq qanun əsası kimi. Əraqda Kürdlərin bölgəsində bölgələrin ayrılması de facto rəsmiyyəti tanınıb Əraqda. Necə ki, Quebecdə Kanada anayasasında rəsmiyyət tanınıb. Biz də müəssis məclislərin federallar deyilən ki, Türklər, Kürdlər, Bəlutlar, mərkəzdə demokratlar, onlar ki, federalistlər. Gələcək qurucu məclis, yəni məclis müəssisan, İranın məclis müəssisanın 51%-ni, 55%-ni təşkil edə bilsək, orada sən eləyə bilərsən de facto ayrılma haqqında orada geçəsən. Bu vasitə ilə xarici dövlətlərin təyidinə gərək yoxdur. Yasal, yəni qanuni yolla, ehtiyac yox üçün qanuni yolla ələ gətirilmişsə. Amma qeyri-qanuni, yasal olmayan, yəni zəmini siyasi, ya siyasi, hüquqi dəstək olmayan yerdə xarici dövlət gələcək. Hansı xarici dövlət Azərbaycan istiqlal rəsmiyyəti tanıyacaq? Türkiyənin Azərbaycan tanıyan, indidən deyirlər bizə. Onlar tanımayanda sən getməli dünyanın ölkələri, yəni biraz gerçəkçi olmağımız daha düzgün olar. Ona görə istiqlala yürüyən, burada deyil, istiqlala yürüyən arkadaşlarımız, yəni istiqlalcı dostlarımız, arkadaşlarımız, biz deyən planın içində bizimlə federalizm quruna və İranın anayasasında de facto ayrılma haqqını orada qeyd edilənə qədər bizlə olmalıdır bərabər. Ondan sonra hazır olmaya o qeydiyyatdan geçdi, yəni qanuna geçdi. Ondan sonra İstiqlal Partiyası kimi fəaliyyət edir. Dəqiqən Quebecdə necə fəaliyyət edirlər? Şərait müsait olanda Azərbaycandan istiqlal referendumu tələb edirlər. Bu bir daha yoldur ki, bərabər yürüyə bilərik. Bu yolda müttəhid ola bilərik. Başqa yolda biraz şəraitimiz çətinləşir. Mən də istiqlalçılardan o cür eşitmişəm ki, federalçılarla biz federal həddinəcən yoldaşıq, amma oradan da o üzə biz çox istəyirik, onlar az istəyirlər də, orada dayanırlar, bəlkə də dayanmırlar. Sizin deməklərinizdən mən görürəm konfederal falan, nəzərimə gəlir ki, biraz mərhələyi görürük. Baxın, məsələ bu ki, bir addım, ikinci addım. Mən bunu izah edeyim, siyasi stratejidir. Şəraitə görə dəyişər. İdeoloji, hətta belə, mən ideoloji nə qədər danışacağım, amma ideoloji elə bir şey deyil. İdeoloji sənə baxış açısı verir. Amma strateji bir şeydir ki, daima dəyişmə halındadır. Şərait icab edir ki, sən strateji dəyişirsən. Şərait icab edir belə, yəni təhlili müəyyənə şərait müşəkkəs. Təhlil edirsən, tərcih edir. Ona görə stratejidə bizim ideoloji deyək ki, məsələn, federalizm qaşqözünü açıq deyirəm ki, federalizmin xalqımızın əlverişlilik sahəsində xalqımızın mənafiyini təmin edən bir faktor deyilsə, əlbəttə ki, yapışarım. Ondan sonra fiilən ayrı bir imkan yoxdur. İmkan olsa, mən də baxaram imkana ki, var ya yoxdur. Amma indi başqa imkan yoxdur. Bir daha da bir başqa söz deyim, burada geçək orada. Buyurun. Kürdlərin sizdən soruşuram. Sizdən qərarlı sual verməyim, amma sizdən soruşmuyorum. Sizin tamaşaçılardan soruşuram. Kürt partiyaların hamısı istiqlalçı deyə dəyilir. Tək Kürdlərin damarlarında yürüyən qan istiqlal deyir. Görün partiyalar bunlar nə deyir? Partiyaların biri var desin.
biri var İstiqlal. Mən soruşdum o günləri, bir cələsə vardı, bir dənə Kürt vardı orada. Soruşdum ki, Kürtlərin içində neçə dənə İstiqlal Parti var? Neçə dənə desə yaxşıdır? Dedi, bir dənə partiya var, amma heç o tanımaz. Bizim neçə dənə İstiqlal Partiyamız var ki, taza yola düşmüş hərəkətdə? 12-15 dənə. Bu nəydən hikayət edir? Kürtlər niyə federalizmə yapışıblar? Dəlidirlər? Ya yox? İstirlər o istiqlaliyyətə hüquqi dəstək yaransın, hüquqi zəmin yaransın. Necə ki, indi Əraqda hüquqi zəmin yaranıb. Fəqət şəraiti gözləyəcəklər, şəraitə işini görəcəklər. Bizdə o yolu getməliyik. Yəni, bizim istiqlalçılarımızdan demək istəyirəm, amma istiqlalçılar gedilər, bu yoldur. Niyə bizimkilər istiqlaliyyət partiya alacaq 12 dənə? Bir dənə cavabı var. Təcrübəsizlik. Bu qədər. Tamam. Bu şeyi yadımızdan çıxdı, qaldı. İndi də siz işarə buyurdunuz, mənim yadıma düşdü. O sualın üstündən geçmişim. İdeoloji. İcazə buyurun. 2 dənə də soru soruşum, sonra qeydək ideolojiyə. Biz neçə saat danışırıq? Siz, əfəndim, bəli, 2 saatdır. Yəni, nə 2 saatımız da qalır. 2 saatımız da qalır. Yorulmuşsunuz? Yox. Yəni, yorulmasanız okeydi yani. Biraz yani neçədən sual, 2 dənə sual görürsün, bir nəyə iştirak, iştirak yapsın. Yok. Hayır, bu bölümü. Bir dana bu bölümü qutarırıq, geçək o birisi bölümə. Buradan, beləsi deyim, buradan fəqət kulli suallar soruşdum ki, mənim özümdə və dostlarda sizdən bir şuma yaransın, bir nəqşə yaransın zehnimizdə. Sonra geçəcək, dana bunları açacaq. Hər bölümün özünə görə çoxlu danışacaq. İndi sizin üçün bu 3 dana ki sayacağım, bunlardan hangisi stratejik önəmi var? Siyasetinizin mərkəzindədir. 1. İran və İranlılar. 2. İrandakı Türklər, Azərbaycanlılar. 3. Azərbaycanlılar. Bunların hangisi sizə? Türk-Azərbaycan. Bizim mərkəzimizdə Türk-Azərbaycan əsli mərkəzimizdir bizim. İrandakı Türklər, Azərbaycanlılar, yoxsa? İranda, əlbəttə, İrandakı Türklər və Azərbaycan. Yəni, İrandan xaricə biz düşünməyin bizə. Yəni, bizim İrandan xaricə işimiz yoxdur. Əlbəttə ki, yəni, Azərbaycandan, Türkiyədən nə dəstək gəlirsə, təbiətən ürək açıqlan qəbul edirik, amma Türkiyə dövləti keçən 100 il bizim millətimizin bədbəxt olan tarixi, bizim millətimizin fəlakəti olan tarixi, bizim millətimizin asimilə olan tarixində 100 ildə bir şey addım atılmayıbdır. İndən sonra nə addım atılacaq, qardaşım? Nəyə inanım? 100 il geçib ondan. İndi Azərbaycan da bir balaca dövlət, yəni mən ona Azərbaycana, hani İran dövlətinin qarşısında onun bir iş görməsinə, yəni demirəm, iş görə bilməz, çox işlər görə bilər, çox işlər görə bilər. Amma hər halda, yəni Türkiyə ilə qiyasda ola bilməz, amma vəziyyətimiz o sahədə xoş deyil. Ona görə baxmalıyıq, İran içində strateji qurmalıyıq haqq qazanmaq üçün. Bu da bir təcrübə məsələsidir. İran içində strateji qurmalıyıq. Yalnız özümüzdə də başqa xalqlar var. Bir seri demokratlar da az da olsa bir mərkəzdə demokratlar var. Bir düzgün siyasi stratejik çart yaratmalıyıq ki, bunun içindən bir haqq çıxarda bilək. Bu qədər. Sizin ən önəmli siyasi stratejiniz və ən üstün amacınız nədir? Yəni, yap başqa bir dana strateji və bir dana amac desəz, hangisidir? Türk xalqının saadəti. Saadətdən mən əslən bir şey baş tapmıram. Neçə min ildir, 4000 ildir saadətdən danışılır, heç kəs bilmir nədir. Siz ki bir daha cümlə deyirsiniz və bir cümlə axtarırsınız məndən. Yanda müsabiqə deyil. Tamam. Yox, ona görə yəni başqa bir yol qoymuşsunuz mənə. Yəni amac dediyində biz yəni əsasda, yəni həqiqətən əsasda biz Türk xalqının İran çapında saadətinə düşünürük və izah etdim də ki, bu saadət necə təmin ola bilər? Azərbaycanda bir dövlət, demokratik dövlətin quruluşu ilə və Tehran Kərəcdə özəl bir 2 dilli dövlətin quruluşu ilə Fars Türk və başqa bölgələrdə kanton, Türk kantonlarında, Qəşqaydı, Xorasanstanda da
bir otonomi, balaca bir özünü idarə bir sistem qurulmağı ilə Xodmuxtar. bu bizim o saadətin bir bölümün təmin edir. Əlbəttə o birinci mərhələdə, yəni saadət bir iqtidar, bir egemenlik, yəni özünə hakim olmaq, bir də iqtisadi cəhətdən gəlişmə. Yəni yəni mənim iqtidarım olacaq, amma kasıb yoxsul yaşayacağım, o da xoş deyil. Yəni həm sosial, siyasi, iqtisadi cəhətdən saadət söz konusudur. Tamam. Hədəf budur. İndi qeydaq o şeyi dedik. Sizin indi zehnimdən çıxdı. Nəyi qeydəcək danışaq? Onlar sizin mən onları düşünməyə vaxtım yoxdur. Fəlsəfə yox, ideolojiden danışacağıq. Siz dediniz ki, yəni ideolojiden siz məndən sual soruşarsınız. Bəli. İdeolojiz nədir? Yəni onu sual soruşmuşdum, cavab almadıq, getdik ayrı yerə. O gördüm ki, unutmuşam. İdeoloji, qoyum bir söz deyim, ideolojiyə girmədən qabaq. Bizim durumumuz, yəni Türklərin durumu İranda ki, ideoloji məsələsinə yetirəndə də ideolojinin seçim qarşısında görməlidir özlərini. Yəni, məsələ, mən ata-babamdan millətçi idi ata-babam, mən də millətçi olmalıyam. Ya sosialistidir, ya liberalıdır, mən də elə olmalıyam. Bugün bizim millətimiz, yəni bu 100 il assimilasyonda o gün bir faalların birindən eşitdim ki, deyirdi ki, milli hərəkət qadın məsələlərinə işə olmamaq lazımdır. İşçi məsələlərinə qatılmamaq lazımdır. Çevrə məsələlərinə qatılmamaq. Fəqət milli məsələ ilə məşğul olmaq lazımdır. Çox böyük yanlışdır. Çox böyük yanlışdır. Bugün elə ona görə bizim milli hərəkət adlandığımız bir mürəkkəb bir hərəkətdir. Əgər biz milli hərəkət çərçivəsində qadın məsələsinə toxunmayaq, qadınlarımız duracaq, deyəcəklər, qoy bura dövləti vursun, ondan sonra gəlsin bizim məsələlərimiz yetişsinə. Qadınlarımız gələcək ki, mərkəzdə olan rəqib qruplarla farslarla çalışacaqlar. Və o vasitə ilə beyin də orada o cür formalaşacaqdır. İşçilərimiz duracaqlar ki, desinlər, hələ gedin siz dövlət qurun, ondan sonra gəlin bir işçilərin məsələsidir. Bugün onun məsələsidir. Yəni cibinin pulu, qarnının pulu, hüququ alır, almır, necə yaşayır. Biz işçi məsələsinə cavab verənməsə, o işçilər gələcəklər, mərkəz partiyalara qovuşacaqlar və mərkəz gücünü Azərbaycanda gücləndirəcəklər. Amma əgərsə biz fəza açırsaq o hərəkatımızda, onda onlar əlbəttə ki, Azərbaycan təşkilatlarına əgərsə ehtiyaclarına cavab verirsək, qovuşacaqlar. Və ya çevrə məsələsində də o cürsüdür. Yəni, biz bugün İran toplumunda xalqlar nə ilə ciddicə problem qarşısındadılar, onlara cavab verməyimiz lazımdır. Türk Milli Hərəkatı çevrə məsələsinə baxın, Urmiyyənin qurmasına və Urmiyyənin qurması da, mən onu mütaliə eləmişəm. Azərbaycanın hər yerində çölləşmə, yəni ondan sonra qurulaşmaya, suların qurulması çox faciəli bir vəziyyətdir Azərbaycan su və çevrə baxımından. Ora baxmalıyıq, işçilərin məsələsini içəriyə yerləşmə və teorize etməliyik ki, bu Azərbaycan Milli Hərəkatı iş və işçilər, əmək və əməkçilər məsələsini necə toxunmalıdır və nə etməlidir ki, bunun adı sivil toplum quruluşlarıdırlar. Bu sivil toplum quruluşlarının himayət, onların yanında durma, kültür yaratma, onlara yol göstərmə və qadın hərəkatı. Bu zaviyədən, məsələn, 100 il bundan qabaq bir milli hərəkət deyəndə yalnız milli məsələdə ötürü çalışmaq bugün məqdur və mümkün deyil. Yəni, bu işi görürsək, biz toplumu əldən veririk. Yəni, toplumun çoxunu əmələn əlimizdən itələşlər mərkəzdə fars qruplarına, fars təşkilatlarına, ya fars sindikalara yapışmaqla əmələn biz əlimiz boşda qalır. Ona görə biz mürəkkəb cavab axtarmalıyıq və bir ideoloji seçimində onu deyil. Biz baxmalıyıq ki, Türk Milli Demokratik Hərəkatı hansı ideolojiyə dayanırsa, dikkat edin, burası çox mühüm məsələ deyiləm, hansı ideoloji ilə, yəni ideoloji deyəndə dil gəlir araya, bərnamə gəlir araya, baxış pəncərəsi gəlir araya. Bizim toplumumuz, yəni Azərbaycan toplumu, Türklər də bugün harada, yəni İranın mərkəzində, Azərbaycanda hangi dillə daha çox cəzb olarlar bu hərəkətə? Hangi ideoloji ilə mətrəh eləcək? Məsələn, deyək ki, sosial-demokrat mövzesi ilə girsaq meydana bizə daha çox cəlb olar, ya nasionalizm sözü ilə. O bizə həyati rol vardır. Yəni, biz burada təəssübzat xərcəb etməməliyik.
Biz burada real düşünmemiz lazımdır ki, bizim millətimiz, şəhri millətimiz, təhsilkərdir, oxuyub, savadı var filan. Yəni, bəzi mühafizdə filan deyəcək, Tehranda yaşayır, Kərəzdə yaşayır, Təbrizdə yaşayır, Ərdəbildə yaşayır. Bu orta kəsimi biz hansı dillə cəzb edə bilərik? Orada yetişəndə ideoloji seçim məsələsi gəlir var ki, mənim baxış açımdan bu gün bir dənə türk aktivisti ideoloji seçimlə, yəni seçim qarşısındadır. İndi ki bizimkilər bu adını deyirlər millətçi, millətçi, onun adı nasyonalizmdir. Və nasyonalizm. Dünyada, baxın, dünyanın ölkələrinə, bax, sizin ölkədə də baxın, yaşayırsınız orada. Dünyanın ölkələrində nasyonalistlər bir millətin neçə faizi, neçə dərsəni təşkil edirlər. Türkiyədə 100 ildir nasyonalist təbliğ olur, 100 ildir. Türkiyədə bu millətçilər %10'dular. %10'u təşkil edirlər. %10'u cəzb eləməklə bir toplumu dəyişmək olar, milli həqlə əldə eləmək olar. Buna düşünməliyik. Urfada kəsilən deyəndə nasyonalistəm, yəni ırqçıyam, yəni nəcatpərəstəm. Urfada bir insan var. Mesela indi burada bizim bir partiyamız var, Sueddə. Adlı Sued demokratlarıdır. Amma hamma bilir ki, burada Suedlər özləri bunlar ırqçı tanıyırlar, buranın nasyonalistlərdirlər. Yəni, əslən ondan geç. Nasyonalistlər bütün dünya ölkələrin hansısında %50 cəmiyyətin rəyləri var ki, biz deyək, tamam ki, nasyonalist olaq, cəmiyyətin %50'si gəlsin, o 50 ilə, %50 ilə gedək Azərbaycanda bir dəyişik icad edir. Belə bir şey yoxdur. Dünyada belə bir şey yoxdur, özümüzü də allada bilmərik. Ona görə biz düzgün ideoloji seçimdə, yəni bugünkü məsələ, baxaq ki, dünyada hangi ideoloji daha çox nəzərlər cəlb edir? Məsələn, burada indi bax, o Suedin qurulan hamısı sosial demokrat. Niyə Məhəmməd Əmin Rəsulzadə sosial demokrat olub, nasyonalist olmayıbdır? Niyə? O dövlət qururdu ki, bilirdi, o ideolojide dayansa daha çox geniş vasitədə toplumu cəlb edə bilər. Biz buna düşünməliyik. Amma təəssüflə, gün Azərbaycanda, bizim Azərbaycanda keçən yüzildə siyasi ənənə yoxdur, yəni siyasi fəaliyyət yoxdur, hizb yoxdur, quruluş yoxdur, bəhs yoxdur, fəaliyyət yoxdur, təcrübə də yoxdur. Təcrübəsi olmayan bir toplumun 100 il siyasi ənənəsi olmayan və asimilyasiyonun məruz qalan bir xalqın seçimi də bu cür olur. Radikalizm. Yəni özü xalqın içindən özü istirahsını işləyir. Ən çox şeydir ki, nasyonalist, daha çox nasyonalizm. Biri vardı deyir ki, mənim ideolojim Azərbaycan milliyyətçisidir. İdeolojim deyil, Azərbaycan milliyyətçisi deyil. Qardaş, tarixi ideolojide Azərbaycan milliyyətçisi adında bir ad var. Belə bir ideoloji var. Azərbaycan milliyyətçisi. Yüzü dikkat edirsiniz. Yani milliyyətçiyi daha Azərbaycanlaşdırıb, yəni daha radikallaşdırıb. Qardaş, yəni kimsədən ailəvi mümkün cəlb edəməyəsin. Sən özünə düşünməməlisin ideoloji seçəndə. Milyonlar insan içindən hangi kəsimlər, hangi təbəqə, hangi layihələr, hangi qurumlar camiədə sənə cəlb ola bilərlər, hangi ideoloji ilə ona düşünməliyik. Elə o açıdan da bizim sizin ideoloji seçimimiz də oradadır. Bizim ideoloji seçimimizin də əsası bu analiz qoydum, bunun əsasındadır. Nədir? Sosial demokrasi. Siz də deyəcəksiniz dostlarınıza ki, internetdə vursunlar sosial demokrasi nədir? Ora kitablar gəlsin, yazılar gəlsin, məqalələr gəlsin, farsça, türkçə, ərəbcə, ingiliscə, hər zat təmin edilsən, dünyada ən çox yazılan ideoloji budur. Tamam. Sizin tərifiniz nədir sosial demokrasidən? Sosial demokrasi... Çoxlu sosial demokrasi var dünyada, çoxlu nümunələrin görürük. Siz hangisine yaxınsınız ya sizin tərifiniz nədir? Sizin partinin tərifi nədir? Bəli, mən buranı bizə dedim də, çünki burada qaynaq çoxdur, çox qaynaq var sosial demokrasinin haqqında oxumağa. Yəni həm fars dilində, həm türk dilində, həm hər nə dildə istəsə çoxdur. Ona görə biz balaca qısa kəsaq o birisi məsələlərə falan. Bakın, sosial demokrasi ideolojisi bir sosial devlətin, yəni ədalətpərvər dövlətin quruculuğunun əsaslarını təşkil verir. Və o sosial devlət dediyində toplumun fərqli kəsimlərinə və tamam vətəndaşlara eşit haqqı təmin edir, bərabər haqqı. Yəni, biri məsələn uşaq xarici uşaqdır, biri də məsələn mühəndis uşağıdır. Onların içində bir məktəbdə, bir səviyyədə dərs oxumaq şərait yaradır. Ki, yəni uşağın istedadı varsa bir şeye rüşdə, o iqtisadi şəraitdən ötürü qısıtlı qalıb, yəni geriyə qalmasın toplumda. Bu qədər deyim
məsələn. İran şah zamanı da belə idi. Nə fərqi var məsələn bu sizin şeyinin düşüncəyiniz? Şah zamanı? Şah zamanı belə idi də. Şah zamanı necə belə idi? Şah zamanı acından ölən vardı ölkədə. Şah zamanı Şah zamanı bəluçların... Yox, məktəbi dediniz, mən də məktəbləri vurdum. Mədrəsəni buyurdunuz, mən də mədrəsəni ərz elədim. Mədrəsi, bugün Bəluçistan, bugün İrandan 100 il dövlətini keçir. Bəluçistan bugün, yəni şah ki düzəltməyib heç, Cumhur İslamı da gəlib orada mədrəsə düzəltməyib. Bəluçistanda mədrəsə yoxdur. İstəyirsiniz şah zamanı. Şah zamanı çox yerdə mədrəsə yoxdur kökündən. Uşaqlara sən sicilli verməmişdilər. Əsən heç yerdə bərgi yoxdur şirkətlərdə. Hətta bu Cumhur İslamı bir şirkətlərə bərgi saçıbdır. Bu Cumhur İslamı, yəni 100 il bu dövlətçiliyi devam edibdir. İndi Bəluçistanda məktəbi gördünüz də, Loristanda bir daha məktəbdir. Uşaqlar gəlir, bir kəpər də, bir kəpər. Deyir ki, uşaqlar oturur orada, deyir, bura nə mənə, deyir, məktəb budur yəni. Deyir, damdan ilan düşür şeyin içine, qız uşaqlar. Sonra 3 kişini burada saxlayıb, məsələn, 3 döyəm uşaq ayağını saxlayıb, soruşur ki, şahidlərin bunlar deyir, yox. O birisi də orada məscidin duvarının yanında kölgədə durublar. Buraya gəlsəydi gün yandırardılar. İndi 100 ildən sonra bu sosial demokrasidir. Yani, gülünç bir şeydir ya bu İran tarihində. Yəni İranın şah zamanının iqtisadi təbiiz, o ayrı seçiliyi saysaq çox uzun bir macəradır. Və hətta bunu deyə bilərik ki, Cumhur İslamı gəlib devam etdikdə 100 il dövlətçilik da büdcə gəlir, verir vəzarətini, verir vəzarət almışlar, verir filana. Onun nəticəsində biz görürük tərəfin Şinas uşaqların sicillisi yoxdur. Sicillisi olmayan uşaq nədir gedib məclisə deyirlər, mənim adım yazılır. Deyəsən kimsən? Və əməllərlə bu problem Bəluçistanda var, Loristanda var, Kürdistanda var, Ərəb bölgəsində nə qədər istəsən var. Yəni, problem çox genişdir. Doğru, doğrudur. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi usul üzərinə qurulur? Dövlətlərlə bizim ilgimiz bizim ilgimiz. Sizin təşkilat, bəli. Bugün dövlətlərlə bizim ilgimiz yoxdur. Olsa da yəni, uluslararası hüquq nə deyirsə, o əsaslar olanla ilgi əlaqədə qurmalıyıq ki, həm özümüzü tanıtdıraq, həm İranın vəziyyətini izah edək, xalqların orada bir zalimane vəziyyətdə yaşamaqlarını izah edək və bir əlaqə quraq ki, əgərsə gələcəkdə yəni biz bir dövlət quruculuğunda rol oynasaq da bir sabiqəmiz, bir irtibati tariximiz olmuş olsun. Tamam. Dünya üzərində olan dövlətlərə necə baxırsınız? Fərqli dövlətlər var bildiyiniz kimi. Yəni demokratik və antidemokratik, nimi-demokratik, totaliter, yəni çox çeşitli fərqli dövlət yapıları vardır. Onlar keçək də onlardan. Yəni ümumiyyətlə bu cür siyasətdə o ölkələrdə yaşayan xalqlar öz dövlətləri ilə qarşı-qarşıya dururlar. Təbiətən biz ideolojik cəhətdən otoriter dövlətlərlə, yəni totaliter dövlətlərlə, dini dövlətlərlə müxalifət mövqeyindəyik. Amma diplomasinin icabatı biraz başqa şeylər tələb edir. Ona görə biz dünyada iki türlü dövlətə diqqət yetirmemiz lazımdır bugün. Cumhur İslamının dostları, Cumhur İslamının müxalifləri. Beynülxalq alanda İranda Cumhur İslamının müxalif dövlətləri bizim kənarımızda, yəni beynəlmiləli cibhədə də, beynəlxalq, yəni uluslararası cibhəsində Cumhur İslamının müxalifləri bizim yanımızda, müvafiqləri bizim qarşımızdadır. Yəni uluslararası arenada Rusiya kim bizimlə dost bir dövlət deyirlər. Biz də onlarla dost mövqeyində deyilik. Yəni onlara üz tutmaq, onlara danışaq, özümüzü izah edək filan filan. Amma onlar müxalif mövqeydə olanlar, məsələn Avropa dövlətləri filan, bunlarla dost mövqeydə, çünki müxaliflə Cumhur İslamı ilə biz onlarla bir əlaqə o ilişki, yəni diplomatik sayədə, hani o cür bir dərin bir münasibət ki deyil, amma özümüzü tanıtıraq, onlar özlərini tanıtırsınlar və gələcəkdə əgərsə biz bir dövlətdə, yəni bizim partiyamız da, yəni dövlətdə bir rolu oynamış olsa, ona bir sabiqə tarixi olmaq dövlətçilik ərəf açısından və əlaqələr açısından, diplomasi açısından çox önəmlidir. Tamam. Dövlətlərlə ola biləcək ilginizi necə tərif edirsiniz? Ola biləcək ilginizi? Yəni bir partiya kimi? Bəli, partiya kimi. Hətta bir dövlət kimi, yəni bir dövlət kimi, fikirli dövlət qurmusunuz ya. Yox, Azərbaycanda onu fikir edə bilmərik. O düz çıxmaq üçün biz dövlət dəyirik, dövlət kimi fikir eləyək. Biz fəqət partiya kimi fikir edə bilərik. Amma bir dövlət kimi, dövlət olanda... Amma partilər dövləti ələ keçirtməyə çalışırlar. Siz də tərifinizdə buna işarə elədiniz. Fikirli dövləti ələ keçirtmişsiniz. Münasibatımız dövlətlə, əgərsə dövlət ələ keçirsə, dünyada uluslararası hüquq əsasında
hər dövlətindən dostlarına münasibətdə olmamız lazımdır. Yəni, əlbəttə orada da bizim bir analizimiz olmalı lazımdır. Bizim milli mənafeyimiz nədir deyə. Milli mənafeyimizə daha uyğun siyasəti olan dövlətlərlə yaxın, milli mənafeyimizə uyğun olmayan siyasət dövlətlərlə biraz aramız bəlkə ola bilər deyə düşünmür. Amma kökündə budur ki, mesela o münasibətlərdə, dövlətlərlə münasibətlərdə win-win-bir. Yəni, bərabər eşit bir hüquq əsasında rabitəmiz olsun. Amma dünya bu yapısı belə deyildir. Yəni bu bir ideal bir vəziyyətdir. İdeal vəziyyət yoxdur dünyada. Ona görə bəzi dövlətlər bizim milli mənafeyimizə yaxın bir şərait durumda ola bilərlər ki, onlarla münasibətimiz daha yaxın ola bilər. Onlar ki, milli mənafeyimizə çəlişdədirlər. Onlarla biraz aramız ola bilər. Əcəba sizin təşkilat bir dövlətə indi bağlıdırmı? Yox, bizim dövlətə bizim heç bir dövlətə bağlılığımız yoxdur. Elə bir gərəkçiliyi də hiss olmur. Və elə bir dövlət də yoxdur ki, bizim bağlılığımızı tələb etsin. Siz təşkilatların, yəni Azərbaycan türklər, İranda yaşayan türklərin, təşkilatların hangi bir xarici dövlətə bağlı olmasına necə baxırsınız? Mən bağlılıq sözünün qəşəng söz bilmirəm. Yəni bu biraz daha çox yəni təxribat karakterli ədəbiyyatdır. Xarici dövlətə bağlılıq məsələsi təxribatçı ədəbiyyatdır. Ümumiyyətlə mənafe, siyasətin əsas məsələsi mənafedir. Yəni bir partiya bir başqa dövlətlə bir əlaqəsi ola bilər, onların ikisinin mənafeyi icab edə bilər ki, bunlar həmkarlıq eləsinlər. Məsələn deyək, mesela PKK'ya, mesela Türkiye devletinin muhaliflerine pul verir. Mesela Cumhur İslamı onu barındırır. Cumhur İslamının menafei təmin edir ki, Türkiye'nin muhalif mesela devlet kütlerini barındırsın. Menafei icab edir. İran daima Türkiye'nin ziddiyyət mövqedə durub. Təəssüflə və çox təəssüflə Türkiye'də stratejik zəkavət bunu dərk eləməkdə çətinlik çəkib keçən 100 ildə. O qalsın yerində, o ayrı danışarıq. Amma PKK'da İran dövləti ilə mənafeyi təmin edir, orada əmniyyəti sağlanır da, gedir orada ondan əmniyyət sağ olur, oradan məsələn xəstəxanadan istifadə edir və ya orada qorunmaqdan istifadə edir. Yəni mənafey, milli mənafey üst-üstə düşəndə, ya mənafeyləri üst-üstə düşəndə, məsələn Amerika gəldi Səddam Hüseyni yıxsın, orada Kürdlər də Səddam Hüseyni yıxmaq istərdilər. Orada eşit yəni bir siyasət. Yəni Amerikanın yaxınlaşdığı ikisi də Səddam Hüseyni yıxmaq istərdilər. Mənafey, içli mənafey üst-üstə düşdü, Səddam Hüseyni yıxıldı və Kürdlər də orada öz mənfəətlərinə bir iqlim qurdular. Belə yəni bunun adı bağlılıq deyil. Tamam. Bunun adı əsla bağlılıq. Nə cür baxırsınız? Bunun adı mənafey çərçivəsində hərəkət etməkdir. Yəni baxın, məsələn, Kürd dövləti, məsələn, Barzani ilə Amerikan dövləti qiyas bir halda bir dövlət deyildir da, yəni çox fərqli güclü. Amma onu diplomasi təyin edir. Yəni diplomasi balaca dövlətlə bir böyük dövlətin münasibatının necə olmasını təyin edir. Bir praksis var o sahədə. O praksisdən kiçik, böyük, orta güclü dövlətlər o praksisdən təbəiyyət elərlər. O bir şeydir ki, dünyada praksis daha əslən, yəni diplomasi praksisi, yəni bizlər də ondan xaric deyilik. Yəni hər kəs öz pozisyonunu bilməlidir. Amma yəni okeydir. Əgər mənafi iki tərəfli win-win mənafi olsa sizin üçün okeydir bu tür bir şey. Bizə deyil, yəni dünya siyasəti odur. Yəni biz bu dünyada başqa dövlətlərdən ya başqa millətlərdən xaric yaşaya bilmərik zaten. Tamam. Yəni Azərbaycan eləyə bilməz məsələn. Azərbaycan eləyə bilməz ki, yəni başqa dövlətlərin əlaqəsiz yaşasın. Mümkün deyil. Nə Azərbaycan? Kimsəyə mümkün deyil. Hətta Afrikanın özünə də bugün mümkün deyil ki, dünya əlaqəsini bağlasın və yaşasın. Çünki çox şeylər Amerika daxil olur, gəlir ora və olan gəlməsi Amerikanı eləyə bilər, fələc eləsin. Təşkilatların və bireylərin fəaliyyətləri var, bilirsiniz. Bunların xarici ölkələrdən mali yardım almaqlarına necə yaxınlaşırsınız? Bir şey yoxdur, biz biraz teori yalandan deyəcək bu sahədə. Amma hər halda
Yəni Yox, hər bir bir də məsələn dövlət ki, İran ittiham vurur da. İran ittiham vurur ki, məsələn bağlıdırlar Azərbaycana, bağlıdırlar buna. Amma bunu bizim millətimizə açıqlayacaq ki, bir parti olaraq biz bunu necə görürük? Məsələn bir dövlət bizə gəldi dedi ki, tamam, mən sizə bir pul verirəm, ya bir radio verirəm, ya bir televizyon verirəm, bir imkan verirəm. Biz necə baxırıq? Onun mən cavabını keçən sualda verdim də. Yəni münasibətlər mənfəət əsasındadır. Yəni məsələn PKK ilə İran dövlətinin, Amerika ilə Ərəb kütlələrinin münasibətində dedim, yəni mənafe üst-üstə düşəndə bir-birinin yanında dura bilərlər və bir-birinə yardım edə bilərlər. Bu vardır. Bu yardım mali yardım olacaq ya başqa tür yardım, yəni bu mümkündür. Yəni teori, yəni siyasətin mövzusu mənfəətdir. Baxın, mövzusu mənfəətdir. Bir daha hərəkətin də cümbüşü milli. Bir daha hərəkətin ya bir təşkilatın mənafeyi var da bir müşəxəs mənafeyi. Bu mənafeyi ilə başqa dövlətin mənafeyi üst-üstə düşdü. Onlar bir-birini anlaya bildilər, bir-birinə dəstək verəcəklər. Bunu deyək deməyək, tarix bu cür olubdur. Yəni biz özümüzdən bir şey kəşf eləmirik. Kəşf eləmirik. Hadis olan ittifaqların hekayəsini deyirik burada. Doğrudur. Siyasi olaraq sizin təşkilat özün hansı dövlətin siyasətlərini yaxın görür? Biz özümüzü heç bir dövlətin siyasətinə yaxın və uzuq görmə söz konusu deyil bizə. Əsla. Bizə Azərbaycanda dövlət qurulursa, Azərbaycan dövlətinin milli mənafeyi söz konusudur. O pəncərədən dünyaya baxarıq, dövlətlərə baxmağımız lazımdır ki, baxmağımız lazımdır və milli mənafeyimizin açısından başqa dövlətlərlə əlaqəyə girərək, ya yaxınlaşarıq, ya uzaqlaşarıq, ya bir fasilə hifz edərək. Ona görə biz heç bir dünyada demokratik dövlətlərin, bakın, dünyada indi yəni bir cibhə vardır. Yəni bir qərb cibhəsində, bir də şərq cibhəsində. Şərq cibhəsində otoriter dövlətlər, totaliter dövlətlər, diktatori filan beman bu dövlətlər vardır. Qərb dünyasında da dövlətlər var. Hamısı bunlar öz mənfəətlərinə çalışırlar. Təbiətən qərb dünyasında amma bir başqa şey var. O başqa şeyə diqqət yetirməyimiz lazımdır. O da mesela insani dəyərlərdir, demokrasiya əhəmiyyətidir, insan haqlarının gerçəkləşməsidir, uşaq haqlarının gerçəkləşməsidir, qadın haqlarının eşit olmasıdır. Bu dəyərlər çox önəmli dəyərlərdirlər ki, bu dövlətlər onlara sayğı göstərirlər. Ona görə biz dövlət yapı, Azərbaycanda dövlət yapısı açısından bu dövlətlərə o açıdan, yəni dəyərləri yaşatmaqdan ötürü bu uluslararası, yəni küresel dəyərləri, insan dəyərləri yaşatmaqda ötürü özümüzü bu yapı cəhətindən deyirəm. Bu yapıya yaxın görürük əlbəttə. Ən çox diktatori filan ölkələrə çalışırıq. Əlbəttə burada məsələ o deyil fəqət. Burada ictimai gəlişmə, siyasi gəlişmə, yəni o yapının sayəsində teknolojik gəlişmə buradadır. Ona görə bizim istər-istəməz əlaqəmiz burayla, yəni Avropa ölkələri ilə daha yaxın. Həm o dəyərləri öz ölkəmizdə diriltmə, yaşatmaq, həm də teknolojik, siyasi, ictimai gəlişmə və tövsənin necəsini oraya müntəqil eləməkdə buradan təbii ki, böyük dərslər ala bilər. O var. Gözəl. İdeolojik olaraq özünüzü hangi dövlətin ideolojisinə yaxın görürsünüz? İdeolojik olaraq bir sosial demokrat olaraq dünyada bir sosial demokratlığın birliği var, yəni Avropada. Sosial demokratların, yəni demokrat dövlətlərin sosial demokratları ora bir şeydir, ittihadiyə də, bu sosial demokrat partiyaların ittihadiyələr var. Ki, başqa ölkələrin partiyaları da, amma dünya yığışırlar və ideolojik məsələləri, dünyada edən hadisələri dünyaya necə təsir edə bilərlər. Biz də özümüzü, yəni biz bir partiya olaraq özümüzü o birliğe yaxın görürük ki, dünyada, yəni Avropa dövlətləri, məsələn, indi Suedin sosial demokratları, Norveçin sosial demokratları, Almanın sosial demokratları, Fransanın falan, burada yığışırlı bir daha ölkədir, bir daha təşkilatda ittihadiyə var. O siyasi cəhətdən, fikri cəhətdən oraya yaxındır ki, eləyə bilər, olanla yaxınlaşmaqla, yəni dünya siyasətində etkili ola bilək deyə həm bir araya gəlirik, həm də bir fikri alışverişdə ola bilirik. Bu vasitə ilə bir siyasi yaxınlaşma da istər-istəməz təmin olur. Güzel. Hukuki olaraq hangi dövlətə yaxın görürsünüz? Hukuk çərçivəsində, qanun. Yəni o dövlətlər ki, çox, yəni bilirsiniz, dövlət yapısının ya demokrasinin əsas kurallarından, mühüm kurallarından biri hukuk üstünlüğüdür.
Yani demokrasinin başka farklı yönləri var. Bir yönü hukuk üstünlüğüdür. Hukuk üstünlüğü olan devletler bizim için önemli, çok önemlidirler. Yani biz de Azərbaycanda hukuk üstünlüğü devleti kurmak istiyoruz. Yani orada necə deyək, yəni fərqli qüvvələrdə bu yasal yürütme ve yargı. Yasal yürütme ve yargı. Ceza, icrai, müqənnənə və qüvvə qəzai. Bunların, o devletler ki, bunların, bu qüvvələrin ayrılığını ciddi alırlar ve çok ciddice bunlar ayrılırlar. Orada hukuk üstünlüğü vardır. Ve o devletlere bizim istek ve arzumuz da Azərbaycanda belə bir devletin kurulması ve İran'da belə bir devletin kurulmasıdır. Yani Azərbaycan değil, Kolli İran'da belə bir devletin kurulması xalqların hamısının mənafeyini təmin eden bir kuraldır. Təbiətən o devletlere daha çok yaxınlıq hiss edərik o cəhətdən ki, hukuk üstünlüğü ölkəmizdə də təmin olsun. Siz bu hukuk üstünlüğündən danışdınız. Azərbaycanı ya İranda yaşayan türkləri idarə eləmək üçün acaba sizin parti bir hukuki sistem özü tərif eləyib deyil, meydana qoyur, deyir ki, mən məsələn ya bir yerdən götürür, deyir ki, bunu mən önərirəm gələcək millətə, gələcək Azərbaycana, gələcək türklərə. Yani anayasa yazmak istiyorsunuz. Yani mesela hukuk sistemi anayasa onun bir parçasıdır. Bilmiyorum, yani şey değil ama hukuk sistemini bizim bence ben hukukçuyum, onu hukukçular deyək bellidir ama siyasetçi cəhətindən bugün dünyada modern hukuka sahip olan ve hukuk üstünlüğünü təmin eden devletlerden ki çok güçlüce onu təmin ediblər, modern devletlerden o hukuku təmin etməyə yardım almaq lazımdır. Yəni onların təcrübəsindən almaq lazım, dərslər almaq lazımdır, kömək almaq lazımdır. O vardır. Amma ümumiyyətlə siz özünüz parti olarak bir hukuk tərif eləmişsiniz, bir məsələn anayasa tərif eləmişsiniz. Yox. Əslən bu fikriniz vardı ki, belə bir iş görəsiniz ki, bir müqəddəmə hazırlayasınız. Necə bayraqda dediniz ki, bir təklifimiz var. Acaba hukukta da bir təklifiniz var mı? Bir dənə kitab yazılıbdır. İranın, yəni gələcək İran anayasasına bir təklifdir. Federal Cumhuriyet. Cumhuriyet Federal bir anayasa pişnahadıdır. Təbriz Araşdırma Mərkəzində Azərbaycanda, Türkiyədə yaranıbdır. Ayı Döktür Məhəmməd Rza heyətin məsuliyyətində. Ona mənim bir təhlilim vardı. Yəni orada riyasəti sistemə yerləşdiriblər. Və məncə yəni bizim ölkələrdə riyasəti sistem düzgün bir sistem deyildir. Bəlkə bir parlamentari sistemin olması, kasıb ölkələrdə, fərqli ölkələrdə, fərhəngin aşağı olma ölkələrində otoriter devlətin tarixli bir vəziyyətdə olduğunda, yəni uzun tarixdə otoriter istibdad dövlətlərdə parlamentarizm bir düzgün bir dənə tormuzdur diktatorluğa cinə. Yəni yalnız ondan yeterli değil ama ister istemez yani biz orada bir parlamenter sistem. O anayasa ki yazılıbdı, pişnahadi anayasa təklif ediblər. Təbriz Araşdırma Mərkəzi. Orada yalnız bir irad ki, mən ona bir daha nəqdi yazmışdım ki, o cərə riyasətidən parlamentari sistemə çevrilər. O bizim üçün güzel bir təklif sayıla bilər. Hətta o yazı, yəni o kitab belə bir zəminə vardı ki, bir təşkilat var, qeyri-fars millətlərin təşkilatı. Adı farsca Kongre Milliyyətə İranı Federaldır. Ora Türk partiyaların tərəfindən də bir dəfə məndən danışdılar ki, oranı tanıyırsınız, yəni bunu yazanları, biz de tanıyırıq, bizim yaxın dostlarımızda falan. Təklif elədi ki, biz bunu, hətta o dəyişiləndən sonra, parlament sistemi ora varid olandan sonra, onu Kongrenin İranın gələcək qanun əsasının pişnahadı kimi, Kongrenin pişnahadı kimi götürək, təsvib edək falan. Belə bir şey yazılıbdır, amma bizim partimiz deyil, amma müstəqil bir araşdırma mərkəzi onu yazıbdır. Biz də onun canibdarıyıq, amma parlamentli nizamla, nə riyasət. Tamam. İdarə sistemi olaraq məmləkəti idarə eləmək bir qanun var, sizdə yasal, yürütmə və neydi? Yargı. Bu üç sistemdən idarə, yürütmə sistemi olaraq hangi dövlətin idarə sistemin, yürütmə sistemin yaxınsınız ya yaxın görürsünüz? İndi dünyanın ən gəlişmə ölkələri İskandinaviyanın ölkələrdir. İskandinaviyada Sued, Norveç, Danmark ən gəlişmiş
Yəni indi bilirsiniz, Birləşmiş Millətlərin araşdırma mərkəzləri var. Eləcə də o qədər təbliğ eləyəcəksiniz, duraq köçək ora ha. Yəni sözdə bir şey olmazsa ən azı yaxın, ən qonşu olduq. Amma orada bir şeylər var. Yəni məsələn fərqli şaxisləri də olub şaxisləri, məsələn rifah şaxisi, təhsil, məsələn demokrasi şaxisi, demokrasi çox iqtisadi gəlişmə, teknoloji falan. Bunların hamısı şaxisi dünya ölkələri araşdırılır ildə. Orada İskandinavi ölkələri ən birinci daima gəlirlər. Əgərsə bu araşdırmalar belə göstərir, biz də istəyirik İranda sistemin quruluşunda dünya təcrübəsindən istifadə edək, ən son gəlişmələrdən niyə istifadə edəməyək? Yəni, bu normaldır, bunun suala deyiri yoxdur və məncə İranın gələcək dövləti və hətta Azərbaycanda bir komisyon vasitəsilə bu dövlətlərin fərqli sahələrdə gəlişməsinə bir təcrübəsindən öyrənib və orada lazım qədər istifadə etməklərinə gərəkli bir şeydir. Gözəl. Hangi dövlətlərə ya millətlərə yaxın olmanı düşünürsünüz? Gələcəkdə, məsələn, stratejik yaxın olmaq. Bizim təbiidir ki, məsələn, türk dövlətləri ilə yaxın münasibatımız olacaq. Yəni, istər-istəməz türklərlə, məsələn, Azərbaycanla və Türkiyə ilə, Türkmenistanla və başqa türk dilli ölkələrlə münasibatımız, yəni, bu, həman bu tarixi, dilsel, kültürel yaxınlığımız üçün yaxın münasibat olacaqdır deyə düşünürəm. Yəni, amma bizim quruluşumuz özümüzün gücümüzə dayanaraq bərpa olandan sonra o yaxınlıq və dostluq və çox yaxınlıq olacaqdır deyə düşünürəm. Ona görə belə, yəni, onlar birinci dərəcə gələcəklər istər-istəməz. Ondan sonra Orta Doğu qonşularımız əsli məsələdirlər. Yəni, qonşularla çox dostlarına əlaqədə olmaq. Yavaş-yavaş pərdələr gəldikcə biz ələlxüsus dünyada əgər bugünkü bir durum oluşmuş olsa, daha çox qərbdə olan demokratik ölkələrə və insan dəyərlərinə saygı göstərən dövlətlərlə daha yaxınlaşmamız uyğun bulunacaqdır deyə düşünürəm. Hangi dövlətləri düşmən tanırsınız? Həm indi, həm sonralar, yəni Azərbaycan, sizin öz tərifinizdə gəldi də ki, məsələn, Türklər ya Azərbaycan, hangi dövlətləri düşmən tanırsınız? Dövlətləri düşmən tanımaq bir düşmən dedik, dövlətlərlə bizim mənfəət söz konusudur, milli mənfəət. Bugün milli mənfəətimiz, yəni hərəkatımızın milli mənafeyi icad edir ki, Cumhur İslamının dost dövlətləri ilə fasiləmiz, aramız olacaq. Yəni, bunlar uluslararası arenada... Belə soruşum, Cumhur İslamını düşmən tanırsınız ya yox? Əlbəttə, Cumhur İslamı bizim xalqın ən üstün və birinci və ən qatı düşmənidir. Onun dostları bizim dostumuz olanmaz, yəni düşmən cibhəsindədirlər. Arenasında, yəni uluslararası, beynəlmiləli arenada onlar düşmən dövlətlər və Cumhur İslamının müxalifləri isə dost dövlətlər sayıla bilər deyə düşünmək lazımdır. Siyasətin və diplomasının icabatı. Amma Azərbaycan dövləti qurulandan sonra onun milli mənfəətlərinin icabatı əsasında dost və qeyri-dost dostlar təyin ola bilər. Gözəl. Hangi millətləri və dövlətləri rəqib tanırsınız sizin sistemə ya dövlətə? Dövlətlər bir-birinə... Əsən bu suala cavab verməyin lütfən. Bu suala cavab verməyin. Sizin siyasi düşüncədə İranda federal sistem və o türklər üçün düşündüyünüz paralel sistemdə əslən xarici ölkələrlə əlaqə qurmaq sizə imkan var, yoxsa o sistemdə mərkəzi dövlət, yəni federal dövlət xarici ölkələrlə əlaqə qurulur? Çünki sualların bir çoxu buradan gəlir ki, siz müstəqil kimi orada qərar ala bilirsiniz ya yox? Federal dövlətlərin hamısı, yəni Azərbaycanda bir dövlət qurulursa, yəni oradan ki məqdur və mümkündür, mənim yazım var bu sahədə. O qədər ki məqdur və mümkündür sınırlar, yəni Azərbaycan sınırları, Türkiyə sınırları, gələcəyə ticarət, alış-veriş, hətta mesela evlənmə filan münasibətləri yüksək dərəcədə açıq olmaq lazımdır. Yəni bu özəllikdir. Yəni bölgəsəl dövlətləri öz qonşuları ilə çox yaxın əlaqədə olmaq lazımdır. Federal dövlətlərin hamısı ucursudurlar. Yəni deyək ki, məsələn, belə olmağı lazımdır. Sınırlar açılmalıdır və bu vasitələ əlaqələr qurulmalıdır.
və əgərsə bizim kültürel, dinsel, tarixsel əlaqəmiz var Azərbaycandan ora, yəni mütləq elə, məsələn, Norveçlə Suedin sınırı kimidir. Sən gəl, kimsə bilməz getdin, gəldin yəni. Evlən, ya orada yaşa, ya burada yaşa, kimi bilməzsən, yaşayırsan falan. Qeydiyyatdan geçirsən əlbəttə, harada yaşayırsan, amma sən sınırdan geçəndə sənə baxmazlar. Yəni, mən indi 10-15 il üstü Norveçə gələndə bir nəvə qovam almayıb ki, sən haradan gəlsən, hara gedirsən. Yəni, mənim qeydiyyatım Sueddir, xanımın qeydiyyatı Norveçdir. Yəni, daima tərəddüdlüyüm, ona heç sual soruşmaz. Yəni, açıq olmağı lazımdır hər zada. Hər zada. Ona görə o cəhətdən fikirəm, istər-istəməz o cür olacaqdır, deyə düşünürəm. Mərkəzi dövlətdə dediyində bizim bir yanlış təsəvvürümüz var. Federal dövləti, mərkəzi dövlət, bu dövlətdə ki, bu gün var. Bu dövlət, yəni İranın dövlətdə ki. Daha faşist dövlət seçilmiş, daha yəni, bəlli adamlar. Əgərsə xalq belə bir cumhuriyyət, federal cumhuriyyət qurulur, bu cumhuriyyətin nümayəndələri orada məclisi təşkil edir, o məclis nüxus vəziri seçəcəkdir. Yəni, o məclisin nüxus vəziri, hani cəmiyyət, İran cəmiyyətinin nüxus vəziri olacaq. Nəinki bir daha kəsmin nüxus vəziri. Bu biraz, yəni... Amma elə orada bir dənə müşkül gələcəkdir da, məsələn, əcəba, məsələn, Azərbaycan eləyə biləcək özü müstəqim o İranın mərkəzi, o federal sistemdən icazəsiz ya onun keçsin, məsələn, Türkiyə ilə, Azərbaycanla, Ermənistanla, hər yerinə bir müqabiliyə siyasi, dini, din yox əlbəttə, dini çıxın qırağa, o yanlış gəldi ağzıma, siyasi, kültürel, ekonomik filan, hüquqi hətta. Onu baxın, onu qanun təyin edəcək. Yəni, qanun çərçivəsi onu təyin edilməli. Amma qanun əgər demokratiksə, əgərsə orada müəssis məclislərdə yürüşən insanlar həqiqətən xalqların nümayəndəsidirlər orada və qanun yazırlar. Məsələn, Kürtlər orada, Bəluçlar orada, Ərəblər orada, Türklər orada və demokrat farzlar orada yazacaqlar ki, siz başqa ölkələrlə Bəluçlar, Pakistanda Bəluçlar görməsinlər. Böyle bir şey olur mu? Ona görə məncə əgər demokratik qanun İranda yazılırsa və demokratik güclər müəssisəni təşkil edirsə, orada istər-istəməz bu qanunların hamısı çox kəsin və ciddi açılım sınırlar arasında mümkün olacaqdır və belə də olmağı lazımdır. Yəni, Azərbaycanla İranda Azərbaycanlılar arasında gəl-get, ticarət elə, qız ver, qız alma olsunda, qız al, qız ver deyirəm, qədim istilatı, gözəl bir şey deyil, amma hər halda mənzur evlənmə məsələsində sınır qoymaq mümkün deyil, yəni. İndi siz bu sistemdə, sizin sisteminizdə bu sualı özünüz o sisteminizlə cavab verin. Rəqib İranın içində siz düşmən tanırsınız, dost tanırsınız ya millət ya o federal sistemdə? Dost, düşmən tanırsınız onların içində? Federal sistemdə yalnız rəqib vardır, düşmən yoxdur. Rəqib vardır. Əgərsə yapı bir demokratik yapıdır, məsələn, Farsların nümayəndələri, iyaləti devlətləri orada filandır və onların rəsmi nümayəndələri orada, başqa xalqların rəsmi nümayəndələri məclisdə yürüşüblər, məclisdə bir demokratik fəza, yəni təmin olub da güclərin taadülü. Baxın, yəni bu demokratik fəzanın təmin olması mənim istəyim, sənin istəyin də siyasi güclərin balansının, dəngəsinin qurulmasının nəticəsində təmin olar. Əgərsə məclisdə elə bir dəngə qurulubdursa, məsələn, deyək ki, %50-55-ə qədər qeyri-farslar və demokrat mərkəzçilər, yəni demokrat mərkəz və qeyri-fars güclər məclisin 50-dən 55-dən təmin edirlər və məsələn, fars bölümdə %40-45-də nə qədər, məsələn, təsəvvür edək, atırıq burada. Onda balans gücü bərqərardır və orada yəni, düşmən bir gözü mənasız və sən bir də orada xalqlara qarşı düşmən əsla belə bir şey yoxdur. Xalqlara qarşı. İndiki durumda necə? İndiki durumda ki, əl'an bu durumdadır Türklər İranda. İndiki durumda Fars xalqı bizim əsla düşmənimiz deyil. Fars xalqı bizim başqa İranın xalqlarının birisidir. Yəni Fars xalqı bu durumu yaratmada heç bir rol oynamayıbdır tarixən. Dedim, bu tarixən bu sistemi, bu faşisti sistemin quruluşunda Türklər daha çox rol oynayıbdır Farslar. Amma hər halda bir sistem, yəni nizam-ı siyasi farsisti bir nizamdır. Bu, yəni Fars xalqına dəxil olan bir mövzu deyildir. Yəni Fars xalqı da bugün
bu vəziyyət, yəni istibdadi vəziyyətdən xoşlanmır və Fars bölgələrində də bu etirazlarda az ölü vermirlər. Yəni zindanlarda da Farslardan az yatan yoxdur. Yəni təbiətən bizim durumumuz dedikdə burada bir muzaaf sitem vardır qeyri-farslara. O vardır. Onu təsbit etmək üçün güclə meydanda olmalıyıq. Yəni bunu yalnız məntiqi danışma ilə həll olan bir məsələ deyil. Siyasi gücün varsa hər iki söz yerinə oturacaq, hər iki söz sənin həddin biləcəkdir. O olmasasa da o olan bir şey deyil. Ona görə məncə bu, hətta Fars siyasi gücü ilə də belə bizim uğraşmamız məsələ yalnız bir hədəf üçün olmalıdır. Fars siyasi güclə uğraşmamız yalnız xalqımızın maarifləşməsi üçün olmalıdır. Yoxsa nəyə uğraşamam mən? Bizim siyasi gücümüz varsa Azərbaycanı təmin edəcəyik heç. İranda da, İranın siyasətinin dolanışında da rol oynayacaq. Ya başqa xalqlar. Gücümüz yoxsa bu iş görmərik. Bu uğraşmalar, yəni Fars xalqı ilə uğraşma, yəni Fars xalqı ilə üzrəm. Fars siyasi gücü ilə mərkəz siyasi gücü deyirəm ona da. Çünki Fars siyasi güc demirəm mən, mərkəz siyasi güc deyirəm. Çünki baxsan görsən, heç bir pan-İranistin rəhbəri bir daha Ərdəbillidir. Hansının üstəl qoysan, türk çıxır. Nə bir daha səltənətçi adamla gətiriblər, qoyublar bir şəxs başqası danışır, Çəngərli filan, türkdür. Yəni, Rıza Pəhləvinin adamı. Yəni, ona görə mən onlara mərkəz deyirəm, daha çox yaxşı olur. Bir tərəfdən həssasiyyət azalır, farslara qarşı bir söz deyilsin, gözəl. Yəni, buna diqqət yetirmək lazımdır. Ələxüsus bizim xalqımız, özümüz bu fars sözünün deməyinə bu türlü biraz xəsmanə və ya məsələn, şiddət dilindən danışmaq həssasiyyət bizim xalqımız arasında yarada bilər deyə düşünməyimiz lazımdır. Eyni halda bir xalqa qarşı mütləq xəsmanə durumda olmamalıyıq. Ona görə mən ora mərkəz qüvvələri deyirəm. Çünki mərkəz qüvvələri deyəndə, yəni orada yalnız farslar dəyərlər axı. Hər kəslə baxsın, görürsən, başqaları türklər orada durub. Ona görə mərkəz qüvvə həm o həssasiyyət sözünün, yəni etnik çatışmamazlığın qarşısı alınır. Burada bu da ki, yəni etnik çatışmaq falan olsun. Bir tərəfdən də gerçək vaqiyyət nədir, o meydana çıxsın. Biz bu sistemə qarşıyıq. Bu sistemi kökündən qaldırmalıyıq. Bu sistem və bu rejim ki, bu sistemi dolandırır düşmənimizdir. Farslar bu sistemini az savaşladılar, az ölü verdilər və ya indi az mücadilə edədilər. Ona görə yox, biz xalqları heç belə, yəni bu ırqıçılıqdır, sırf ırqıçılıqdır ki, bir başqa xalqa qarşı düşmən hissin olsun. Elə bir şeyimiz bizdə yoxdur da, olmamalı lazımdır da zaten. Yəni belə. Rəqib dövlətlərə, İran içində deyək millətlər, eşikdə dövlətlər, bunlara görə stratejiniz nədir düşünürsünüz? Rəqabət olacaqdır. Federal dövlətin içində rəqabət olacaqdır. Onu rəqabət gözü ilə baxmalıyıq və diplomasi çərçivəsində öz güclərimiz, öz gücümüzdən, mövcud gücümüzdən mənafeyimizə çalışacağıq. Hətta İran içində belə. Əlbəttə ki, yəni qanun da indi məsələn gedin federal dövlətlər nəzüş neyinirlər? Biz yəni taza bir şey xəlq eləməyəcəyik. Yəni indi məsələn get Suisdə neyinirlər məsələn? Belçikdə neyinirlər, Kanada neyinirlər? Biz də o cür bir durumda olacaq. Yəni rəqabət olacaqdır və biz də öz gücümüzdən rəqabət sahəsində mənafeyimizi təmin etməkdən istifadə edəcəyik. O diplomasi mövcud diplomasi praksis çərçivəsində istifadə edəcəyik. Düşmənçilik məsələsi deyil. O olacaqdır, amma bir yerdə mənafeylərimiz bir-birindən üst-üstə düşür. Məsələ, ölkəni xarici qüvvələrin təərrüzündən qorumaq məsələ. Və belə şeylər. Yəni, müştərək pul ki, ən həyati rolu oynayan bir faktordur, müştərək pul. O pulun güclənməsi, yəni bizim bu çatışmamız, rəqabətimiz, filanımız, behmanımız, o pulun dəyərinin azalmasına səbəb olursa, onu əsk etmək lazımdır. Çünki o pulun dəyər azaldı, sənin yaşamının keyfiyyəti azaldı mənasına gəlir. Yəni, çox mürəkkəb və incə məqamlardılar bunlar ki, yerinə gəldiyində, çünki bizim təcrübəmiz yoxdur, yerinə gəldiyində o qədər təcrübə var bu sahədə ki, biz də çalışacağıq o sahədə o təcrübələrdən istifadə edək. Yəni, bu radikalizmdən biraz uzaqlaşmamız lazımdır. Gerçək sahədə müəyyən hədəfməndliklə, gerçək sahədə bir diplomatik və bir düzgün siyasət qurmağı çalışmalıyıq. Bir də buna diqqət edin. Bunu da deyim ki, İranda türk xalqını başqa qeyri-fars xalqlarının bir yerə qoymamaq lazımdır. Məsələn, deyək ki, Kürdlərlə, Bəlustanla, Ərəb, türkləri bu səviyyəyə yedirmək xətadır məncə. Yəni, o istiqlalçılarla mənim fikrimin fərqliyi də buradadır ki,
onlar Azərbaycan, Türk xalqını İranda, Kürt xalqının, Bəluç xalqını, Ərəb xalqının səviyyəsinə yendirmək istəyir. Nə demək səviyyəsinə? Onlar bölgəsel qruplardılar. Yəni, məsələn, Ərəblər fəqət Ərəbistanda və ya Əhvazda vardı. Bəluçlar fəqət, yəni deyəndə ümumiyyətdə. Kürtlər fəqət Gürcüstanda vardı. Amma Türklər o cür deyil. Türklər mərkəzdə, əgərsə oyanış mövzusu mərkəzə gedirsə, milli maarifləşmə Türklərdə Tehran, Kərəc, Qumda ciddicə gedirsə, biz Tehranın gələcək dövlət yapısında çox ciddi rol oynarıq. Bir də iki dənə cami, yəni şəhri gəlişmə İranda Fars toplumunda, Türk toplumunda çox gelişmə durumundadır. Məsələn, görürsən, indi Bəluçlarda rəhbərləri kimi məsələn, Cinə Malla, yəni Moğləvi orada rəhbərlik mövqeyindədir. Məsələn, ərəblərin mövqeyində, məsələn, bu tayfaların və tayfa rəhbərlərinin, hətta bugün Kürdistanda tayfa rəhbərlərinin rolu ciddi rol oynamaqdadır. Yəni şəhri yapıya devrilməyib, yəni o mənada. Amma Türk toplumu və Fars toplumu İranda keçən 100 ilin, 110 ilin içində yəni gəlişmiş bir şəhri toplumdur. Ona görə bizim gücümüzü yalnız Azərbaycanda qısıtlamaq küllən, yəni böyük xətadır və hətta istəklərimizin gerçəkləşməsində bu gücdən, bu potansiyeli 30 milyondan istifadə etməsək, yəni ona strateji qurmasaq, çox böyük xətaya mütəkkib olur ki, təəssüflə bizim istiqlalçı partiyalarımızın hamısı odaqlanıbla Azərbaycanı tutarmağa və 20 milyon potansiyelin gücündən ki, eləyə bilər. Hətta bu Azərbaycanın dövlət quruluşunda ən böyük rol oynasın, onu da gözdən atılır. Burada bizim fərqimiz var, düşüncədə. Düşmən tanıqladığınız dövlətlərə qarşı hangi stratejiləri və siyasətləri götürəcəksiniz? İndi ya gələcəkdə, indiki alan bu vəziyyətdə yox, gələcəkdə də. Siyasət elmində, yəni sosial elmlərdə daha bir şey var. Yəni, təzadlıları əhəmmi mühüm eləmək. Məsələn, deyək ki, ictimai təzadlıları əhəmmi mühüm eləməklə bəzən bir təzadlı qaldıranda o birisi təzad öz-özünə qalxar. İndi sizə bir misal vuracağım, çox mühüm bir daha teoridir bu. Bunu bizimkilər biraz az işlədərlər. Məsələn, indi bizim Kürtlərlə problemimiz var. Diqqət elə burası, bu çox mühüm. Misalı Kürtlərdən vururam ki, biraz aydınlarsın. Fərq eləməzə, o bir istəyir. Sualım olacaq edilə, yaxşı gəldi. Rusiya da nəzərdə ala bilərsin bu misalında. Deyərəm misalını. Biz Kürtlərlə problemimiz var. Yəni, Kürtlər iddiayı ərzdə bulunurlar filan. Kürtlərci deyəndə, yəni filan partiya. Yəni, biz bunu, olan o siyasətlərini yazılarımızda, danışılarımızda ifşa edirik filan ki, xalqımız ayılsın filan eləsin. Amma bizim əsli təmərkübündə iki dənə teori çıxır. Bizim bir seri grup insanlarımız deyirlər ki, yox, əsli düşmənimiz Kürtlərdirlər. Hətta adam var ki, televizyonda oturub da ad səhmək siz qədəvənləmişsiniz ad səhmdir. Yəni, oturub televizyonda deyir ki, pastarlar bizi Kürtlərdən qoruyurlar. Cümləsi, onun cümləsi. Yəni, bu burada pastarı deyil, Kürtləri düşmən bilir. Burada biz əgər odaqlanmamızı Kürtlərlə mücadiləyə qoyursaq, Kürtlər İranda bir kiçik cüzdürlər. Bu balaca cüzdürlər, cəmiyyəti məsələn 7 milyon, 8 milyon nə qədərdir, onun da hamısı bir şey deyil ki, bir bölümü məsələn partiyalarda üzvüdürlər, bir kiçik cüzdürlər. Olmaz belə. Yəni, məsələn, İranda Kürtlərin gücü ilə İran dövlətinin gücünü müqayisə eləsən, Kürtlərin gücünün bir şey deyil, yəni, heç zatdır yəni. Məsələn, İranın iki dənə ordusu var, Sipah, Ərteş məsələn. Onun vizarət ittilatı var, polisi var, jandarmı var, məktəbi var, mədrəsəsi var, ruznaməsi var, televizyon ordudan pis deyən sənin beynimi yuvub aparır. Yaxşı, əcəba biz gücümüzü Kürtlərə qarşı başlasaq bu mücadiləyə, bu təzadlı Türkiyə həll eləməyə, biz eləyə bilərik bu mövzunu qələbə çalasaq, Kürtlərə qələbə çalsaq, mərkəz gücünə də, İran dövləti gücünə qələbə çalaq, eləyə bilərik o gücünə ki, Kürtlərə qələbə çalırıq, mərkəz gücə də qələbə çalaq. Cavab yoxdur. Çünki gücü çox zəif bir gücdür. Amma onun qarşısında əgər biz gücümüzü, yəni siyasi gücümüzü yığırıq ki, İran dövləti ilə qarşılaşaq. İranın iki dənə ordusu ilə, jandarmı ilə, polisi ilə, vizarət ittilatı ilə, kim ilə. Və orada biz təhdəyirik. Başqa xalqlar var, Kürtlər də var, Faslar da var, hamı var. Hamı ilə bərabər yığışırıq onu yıxmağa qadırıq. Amma Azərbaycanda o güc ki, eləyə bilir, qələbə çalın, yəni mərkəzi dövlətin qələbə çalmaqda güc toplasın,
Acaba o gücün karşısında Kürt siyasi güçler ne edebilir? Yani burada biz gücümüzü İran rejimiyle mücadelede topladıksa elə bir güc əldə olur ki, Kürt təzadlı öz-özünə həll olur. Onlar gəlmirlər ki, xodkoşluğa. Onlar istəyirlər gəlsinlər bir yere alsınlar. Eğer görsələr ki, gəlsələr, mesela Azerbaycan'ın filan iddiada bulunsalar, gəlsələr, böyük sədmə görəcəklər, gəlməz də əqillərini cürməyiblər ki. Dikkat etsən, yani biz İran rejimiyle təzadlığımızı düzgün həll edə bilsək, Kürt təzadlı öz-özünə həll olur. Bizim Rusiya ile mesela indi dedik ki, Rusiya İran mövqeyi, İranın pozisyonu orada beynəlmiləli sahədə İranın dostudur, bizim düşmanımız hesab olur. Ama biz lazım değil ki ondan düşmanlığı da savaşa falan, işimiz de değil yani. Ne orada falan. Biz de onu o tezatda aradan aparmaq və onu düşman mövzeyesinden dost mövzeyesine veya bir taraf mövzeye çəkmağımızın hedefi orada değil. İran rejimini dəyişməkdir. Biz yani Azerbaycan Rus dövləti, Azerbaycan İran dövləti hansı təzadda aradan aparsaq o birisi aradan gedəcəkdir. Biz eğer İran dövlətini aradan geçsək, Rus dövləti ister istemez İran'da yeni kurulan devletine Ruslara münasebet aktaracaktır. Ve onda Rus dövləti pozisyonu, yani İran rejimcilerinde Rus dövləti pozisyonu düşmenden bir pozisyonu dost veya bir taraf devleti çevirecek İran karşısında. Yani biz İran tezadını həll eləməklə Rus dövlətini düşman mövqeyindən çıxardıq bir taraf mövqeyə veya dost mövqeyə çevirmiş. Hatta dost mövqeyə. Niyə? Çünki bizə yaxın da çalışacaqlar ki, qərb yaxınlaşmasın bura, bizə daha çox xədəmat versinlər ki, eləyə bilər İranla münasibətdə olsun məsələn. Yəni da Azərbaycanla. Dikkat edirsiniz, o təzadlarının, o hünəri təzadlarla rəftar etmə. Onun adı odur. O təzadlarla rəftar. Bizdə ama buna diqqət çox azdır. Tamam. Hangi özelliklerle hemen Farsça xüsusiyyat VJ ciha işlədirlər də. Bir dövləti düşmən, bir ayrı dövləti dost tanırsınız. Ya rəqib tanırsınız. Hangi özelliklerle? Dedik ki biz bu suala indi cevap verdik. Yani indi bir hərəkət, cümbüş, biz təşkilat olarak, Azərbaycan təşkilat olarak dedik ki İran dövlətinin dostları bizim düşmənimiz dünya səviyyəsində. İran dövlətinin muhalifləri bizim dostlarımız dünya səviyyəsində. Bu bizim oldu bugünkü mövzeyimiz. Ama sabahla İran rejimi getdi. İranda bir taza rejim kuruldu. Biz taza şəraiti təhlil eləməliyik. Bizim orada pozisyonumuz nədir? İran dövlətinin quruluşunda bizim rolumuz nədir? Nə qədər, neçə faizini təşkil edir? Məclisin neçə faizi? Məclisin, mesela indi bu gün nə 31% məclisi türklər təşkil edir. Bu gün Cumhur İslamının. Onda bu biz ki, indi bura İslamçılar verir da bunlara. Onda Türkçülük ya bu Türk endişesi ne kadar muharifleşme gelişip ki o meclisin %40'ı bizim nümayendelerimiz olsun. O %40'ı bizim nümayendelerimiz olsa orada biz yani demək olar ki bu çoxunluq yaxın değil diye. Yani orada Farslar da %40 olsalar Farslar, Kürtlər, Bəluçlar, Ərəblər Farsların yanında durmayacaqlar ki meclisdə. O meclisdə bizim yanımızda duracaqlar. Çünkü onlar bizimle həmsərni göstərdilər. Yani orada eləyə bilər mütləq əksəriyyəti. Mütləq əksəriyyət oldu 50+1. Elə deyil? Bəli. 50 və əlavə 1 olur məclisin mütləq rəyi. Yəni əksəriyyət mənzur nisbi əksəriyyət yox, mütləq əksəriyyət. Yaxşı, yəni bu istedad vardır. Əgərsə biz İran içində çalışabilirsək bu istedad vardır. Onda dövlət qurulursa, demokratik yapı olursa biz tamam dövlətlərlə dostlarına münasibətdə o üstəcilik olar. Normal olarak savaş, dərcirlik, düşmən. Bunlar da deyəsən düşmən, yəni düşmən en son gələndir. Biz dövlətlərin milli mənafeyimizə baxacaq, qərar verəcək də. İndi onun haqqında danışmaq əbəs olar. Çünki biz bilmiyoruz nasıl durmayı. Bir Kürt təşkilatlar var. Üzr istəyirəm, qoy bunu da gətirin bura. O siz dövlətlər apardınız. Yəni sualın əsli o dövlətlər deyil. Biz hələ üçün dövlət üzrə danışıq. Başqa dövlətlərlə məvaziyemizi indidən danışmaq yəni bəlli ol, yəni mənasız olar. Amma İran içində heç savaş mümkündür çıxar. İran içində məsələn deyək ki, Azərbaycan gücləri belə bir durumda deyildir. Yəni mən arz edirəm belə bir durum olsun ki, İran rejimi yıxılanda məsələn Zəncandan, yəni Qəzvindən çıxıb Zəncana girən yerdən bağlar oranı. Yəni silahlı qüvvə buradan girməyəcək Azərbaycana. Kürdistan tərəfindən də bir yerdən bağlarıq, filan yerdən və buralar Azərbaycan sınırlar. Əgər çox gücümüz olsa Qəzvinə girən yerdən bağlarıq məsələn. Qalıbdır
Qalıb bizim gücümüzə Qəzvin harda durur? Bizim yanımızda durur, olan yanında durur, harda durur? Çox güc hardadır filan. Oradan bağlayıcısı biz sabıra bilir. Sabahla ordu mesela vəziyyət siyasi İran dəyişikliyi falan mümkündür. İranda çatışma meydana gəldi. Orada bizim hani iç məsələnin həll olmağına bu təzadlar iş olacaq da. Bu təzadların arası bu məsələni həll etməyə çalışmalıyıq. Nə etməliyik? Mərkəzi dövlət quranlara ki, mümkündür kodotel ilə bir səri bir güc qurarlar, ondan ərtəş tapşırırlar, bir nüfuz vəzinlərlə ordu və elə ki, götü tapşırırlar filan. Biz indi heç zat bilmirik. Yalnız indi bir şeye çalışmalıyıq ki, en çok ve en geniş gücü elde edin. Bu kadar. O anıdaki yetişecek biz özümüzde kadar organize falan bir orada şerait, yeni şerait geldi. Yeni şerait bir analiz koyacağız. Menfaatimizin icabı neyse orayacağız. Kiminle barışacağız, kiminle iddia kuracağız, kiminle savaşacağız, kiminle barışacağız. Orada o şerait o təyin edəcək. Şimdi ümidvaram. Məsələn, sizin bu baxışda, fərzi baxışda, indi sizi mən çox da itələməyim o tərəfə, amma bu fərzi baxışda gücümüz oldu, dedik ki, İsfahanın yanınadan eləyə bilirik, qoruyaq. Gedək, getməyək. Yox, o, baxın, siyasət hərəkatında, yəni ümumiyyətlə, məhkəməpəsənd və məqul düşüncədən xaric olursansa, bu uygun bir şey deyil. Nə gerçəkləşər, nə səni bir yerə aparar. Yəni İsfahanda bizim mütabik şeyimiz var. Yani bir bölge var, Türkler yaşayırlar. Orada özde idare, yani İsfahan iyalətində ya, oraya nəzək iyalət kuracaqlar Farslar. Fars bölgesinde bir kanton var, Xorasan, İsfahanda. Orada özlərinin idare haqqını Azərbaycan gücündən, Türklərin gücündən məclisi mərkəzdə qanun yazaraq deyəcəksən ki, orada qanun deyir ki, orada kompakt yaşayırlarsa özləri idare etmək haqqı. Yəni, sorun beləsidir. Gücümüz olsa, o fərzidir da. Gücümüz olsa, zorumuz da çatsa, oradan ki gedirik, getməyək. Oradan sizin məzərinizdə qalaq bu, məsələn, bir yerdə deyək ki, burada qalırıq. O, gücümüz olsa haradan getdik mənası deyil, o düz deyil o. Bəllidir Türklər orada yaşayırlar. Türklərin yaşama kompakt bölgələr bəllidir. Bizim gücümüz o cür işləyəcək ki, nəinki də İsfahanı təsvir edir. Orada yuxlamayıblar ki, orada adam yaşayır milyonlar. 5 milyon, 6 milyon adam yaşayır orada. Yani bu xiyalatı stratejidə qurmamamız lazımdır. Amma gücümüz orada olmaq lazımdır ki, əvvəla Türk xalqının kompakt yaşadığı bölgelere yani kontrol altında, bizim kontrol altımız orada deyək. Sonra Tehranda sen o məclisdə əksəriyyət təşkil edəndən sonra qanunu, yani çoxunluqla güclü olsan, o qanuna geçirirsən ki, kantonlar, Türk kantonları hansı bölgede yaşayırsansa özünü idarə haqları, qanuna geçirirsən. Onda İsfahan hakimiyyət deyə də iyalət, Fars iyalətində İsfahan hakimiyyəti ora o Türklərə orada yani öz idarə eləmə haqqı, yani bir autonomi yaratma haqqı verəcək qanun əsasında. Bu zorakılıq məsələsi də. Amma sənin zorun və ya gücün məclisdə işləyəcək orada. Çünki sabah ordu qurulurdu, ordunu o qanun əsası şartında işləyəcəkdir. Yəni nəinki orduma gedim, İsfahanı alım, gedim Məşədim. Bu şeylər yəni... Tamam. İndi sizin yani partinin tərifində dost kimdir, düşmən kimdir? Yəni məsələn, misal vururam. Əcəba bu günləri Kürtlər torpaq iddiası edirlər. Farslar da ki, kollən əslən bizi deyirlər, burada mühacirsiz getməlisiniz. Siz burada. Məncə bu düz deyil ki, bu cümlə düz deyil ki, Farslar deyirlər mühacirsiz və Kürtlər deyirlər ki, Kürtlər deyil o. Kürt siyasi partiya var orada. Hizb-i Demokrat Kürdistan. Biz bilmiyoruz ki, sen onun Kürdistan'da ne kadar taraftarı var. 1%, 5%, 10% deyək. Onu da bilmiyoruz hələ. Çünki məclis nümayəndəsi seçməyiblər. Hələ indi bir məsələn 6000, 5000, 3000 məsələn deyək ki, piş mərcəsi var. Tamam. Yəni mesela Fars değil. Fars siyasi güc. Bakın siyasi güclər bir toplumun 1'den 5%'ini təşkil edir. 1'den 5, %5. Yəni %95 cəmiyyət belə bu siyasət yanında uğraşmırlar. Azərbaycan da ucuzsudurlar. Azərbaycanda nə qədər siyasətlə uğraşır. Ona görə bunu Fars xalqı deməklə biraz diqqətli olmamız lazımdır. Biz Farsların da tərəfdərik. Biz Farsın siyasi gücü ilə. Mesela bir faşisti güc var, devlet gücü var, filan gücü var, filan partiya var, onunla tərəfi. Xalqla yox, xalq deyəndə xalqın yarısı uşaqdır, yarısı qadındır. Onlarla bizim nə işimiz var? Yarısı əmək
fəhlidir, işlidir, ya qocadır, evdədir falan. Ona nə işimiz var? Bizim siyasi güclə tərəfli olmamız lazımdır. Vardır. Və onlara da bugünkü mövcud siyasi bilim çərçivəsində, diplomasi çərçivəsində əslində hər zad aydındır. Hangi mövqeyi, necə mövqeyi tutmağımız da təqribən aydındır. Nə etməliyik? Hangi şəraitdə nə etməliyik deyə düşünməyimiz olar. Tamam. İndi siz düşməni nə cür tərif edirsiniz? Yəni hər halda biz sabahları bir iç savaşı çıxa bilər. Bir düşmən durumuna gələ bilər. İndi məsələn haqqımızla, məsələn bizim indi milli haqlarımızla Güney İranda bir müxalifət var. Ciddi müxalifət var və məsələn kitab, hətta dünən gördünüz də, kitab yazmaq xəbəri çıxdı, eşiyə ki, filan kəsin kitabı çıxıbdı, gətiriblər, qoyublar. Bu kəlmələri gərək dəyişdirəsən, yoxsa məsələn Azərbaycan yazmaq haqqın yoxdur. Gərək yazasan Aran. Güney Azərbaycan yazamazsan. Gərək yazasan məsələn Azərbaycanı İran. Məsələn deyirəm. Belə bir güclü bir düşmənlə, mən tanımlamayım bunu. Belə bir qarma-qarışıq durumla üzbəyiz. Siz buna ad nə qoyursunuz? Düşmən adı qoyursunuz, dost adı qoyursunuz, nə adı qoyursunuz? Baxın, nə qədər imkanı var ki, düşmən sayısını azaldaq və hətta düşmən kəlməsini az işlədək, o qədər mənim mənafeyimizi təmin edir. Baxın, biz düşmən tapmaqla hangi problemi həll edə bilərik? Biz dost, yəni dost tapmaqla bir problem həll edə. Dost da deyəndə o deyil, başqalarının, özümüz. Bizim siyasətlərimiz düşmən axtarmaq deyil. Hərəkətə güc qatmaq söz konusu olmaq lazımdır. Axı dedik ki, düşmən var, qoymurla da kitabımız yazaq, qoymurla da Azərbaycan sözü yazaq, qoymurla da. Gücümüz olmasa nə edə biləcək sabah? Dedik ki, sən düşməndirlər bizə. Sən bir partında 10-15 nəfər adam olsa, 50 nəfər adam olsa, milyon insan qabaq nə edəcəksin? Məcbursan ya öldürəcəklər, ya ərəbləşmə edəcəksin. Ona görə əsli məsələ o deyil. O var da 100 ildir siyasət. Əsli məsələ bu deyil ki, məsələn, görək ki, bizim bir güclü düşmənimiz vardır və biz onun qabağında uduzmuşuq 100 ildir. Və hazırlanmaq lazımdır. Onunla savaşmağa hazırlaşmaq. Hələ bilmirsiniz. Yəni bu hələ bilmirsiniz güclü düşməniniz var. Yox. İstəyirəm deyəm ki, yəni indi burada əsli bu olur ki, biz heç olmasa görək ki, nə etməliyik? Diqqət eləyin. Biz öz uşağımıza ad qoyma haqqımız yoxdur ölkəmizdə. Tamam. İndi onu düşmən tanımlırsınız ya yox. Yəni məsələn baxın, biz bunun qabağında bir iş görməliyik. Düşmən tanımlamasaq görə bilmərik ki, görə bilirik. Qulaq asın. Baxın. Bu düşmən kəlməsini məncə az işlətmemiz lazımdır. Bizə bir şey vermir, bizdən bir şey alır. Yəni düşmən bizə nə verməni onu deyə bilərsən. Yəni bizim indi bir tədad adamımız var. Biz bunlara daha əsəblər göstəririk. Bax, qoymadılar bunu yazaq, qoymadılar şunu yazaq, qoymadılar o iş görək, adımızı da qoymadılar, adamımızı da dəyişdilər, onu da elədilər. Amma biz nə edə bilərik? Heç nə olsun? Daha sarsılacağıq, daha naümid olacağıq. Amma baxın, zəkavət bunu icab edir ki, sən görürsən ki, zəif durumdasan. Bizdə burada aşikar bir şeydir da, burada bir şey yoxdur da, aşikardır. Sənin siyasi gücün, yəni Türk xalqı siyasının fasların yanında. Bunu bilmək lazımdır. Ya bilirsən, ya bilmirsən. Sənin siyasi gücün, yəni Türklər sənin siyasi gücün yanında olsalar, bitmişdir mövzu. Düşmən deməyə ehtiyac yoxdur. Onlar da görəcəklər, sən də görəcəksən, sən də bilirsən. Lazımdır bir balaca nümayişdə olsa ola bilər, yetər. Amma sənin yanında bir kəs yoxdur, amma düşmən deyirsən, nə olacaq onda? Batacaqsan axı. Yəni problem də, yəni baxın, siz də bu vaqiyyəti görürsünüz ki, bizim hesabımız yoxdur. Yəni bizim xalqımız onların yanında. Onları cəlb eləmə, bax, pişiyim. Onların dilini tapmaq. Yox, düşmənimiz siz filansız, faslar filandılar, kuruş deyirəm, itim filandır, o birisi filan, qurdun filanıdır, filan, yaxşı. Nəticə, bundan kim ağalığa yetişdi? Neçə nəfər cəlb etdik qurumumuza? Hansı bir diplomat, hansı bir siyasətçi, hansı bir müəllim, hansı bir xaricə cəlb oldu Azərbaycan hərəkatına? Qorxar bu ədəbiyyat işləndə. Qorxar qaçar, diskinər. Biz bunu bilməliyik. Baxın, İranda nə qədər də biz düşmən olsaq, filan olsaq, bu rejimlə filandan, İranda bir fərhəngi səviyyə var. Bura yetişmişik. İndi bir daha keçək, mənim nəzərimlə mühüm sözü deyirəm indi.
İranda bir fərhəngi səviyyə, danışıq səviyyəsi var, ədəbiyyat var. Fars ədəbiyyatına. Bir kültürel davranış ədəbiyyat var. Biz rəftarımızda, siyasi rəftarımızda, ictimai rəftarımızda və ədəbiyyatımızda bu normudan, İranda bir norm var. Mesela Sueddə bir norm var, mesela İranda bir norm var. İranda olan normudan aşağı biz danışsaq, aşağı normu danışsaq, biz niruz dəf edirik. Biz əldən veririk. Biz qaçırdırıq, biz dizçindiririk. Dizçindiririk öz adamlarımızı. Bizə gəlməkdən qorxuduruq onları. Onlara biz qorxunc nəzərə gəlir. Baxın, bu düşmən, düşməndir, düşmən. Nə düşməni? Düşməndir. Bax, bu düşmən kəlməsi əslən düşmən, öldürmə, öldürəcəm, öldürəcəklər. Yəni bu sözlər. Bizim millətimiz asimil olmuşdu. Yəni bu beyni yoğulmuş. Bu, nəncə asimil olmuş. Çox adamlar nağatlar. Mən bu deyim sizə. Bir tədad adamlar ki, asimil olub, yəni ki, çönüblər, yəni türkü bilmirlər məsələn. Hətta mən sizə deyə bilərəm ki, Tehranda indi adamlar var ki, mən tanıyıram yəni. Türkü bilmir, amma səndən, məndən çox mütəəssibdir türk məsələsinə. Yəni, bu beyninə sıçrayıbdır. Yəni, onlar, əlbəttə, bu deyim, onlar çox radikal olurlar. Çox xəsmanə rəftar edirlər. Və onların təsiri toplumda, müəkkədə zərərlidir, hətta deyərəm. Baxın, kültür səviyyəsi gücdür. Kültür səviyyəsi, davranış tərzin gücdür. Sənin dilin, dil, bax, hangi dillə danışıq biri ilə? Bir farsdır, bir gücdür, bir filandır, bir fikri var. Mən hangi səviyyədə ondan danışıram? Düşmən kimi danışıram? Ya yox, kültürel və elmi səviyyədə o məndən danışanda hissəyə ki, az cəhdidir. O lazımdır bizə. O gücdür. O deyəcək, aha, onun da sözünə işləyəcək. Bu birisinin söz, mənim sözüm. Onun sözü əqlə batan söz ol. Yəni bir söz, burada gözümü qısa danışıram. Burada rəsmi bir şey deyil, danışır. Belə danışır, danışır. Bizə o lazımdır. Baba, bizim cəmiyyətimiz olanın yanındadır. Biz onlara yaman demağın o cəmiyyət gəlməyəcək bizə. Biz özümüzün özəlliklərimizi, gözəlliklərimizi, o keyfiyyətimizi göstərməklə adam cəlb edəcəyik bura. Bir daha bu deyil, fəqət o deyil, ha. Mən sizə bir söz deyim. Son zamanda bunu yəni dəyərləndirmişəm. Toplumda dalga yaratmaq. Yəni, bax, məsələn, xordad hadisələr var da, xordad hadisələri. Çıxla bu, məsələn, bu Susk filan vermə. O, bizim hərəkətimizdən milyonlar adam qazandırsı deyə inanmasam. Mən öz anamla danışdım. Dedim ki, nə deyil, Təbrizdə deyirlər, bu şey filan. Dəqiqən o zamanlarda. Dedi, bilmirəm, oğlum, deyirlər Fars-Türk davasıdır. Bax, diqqət. O qadına, o yaşı ilə filan qulağına yetirir Fars-Türk. Bu dəryaya sözdür. Bu iş olmalıdır. Yəni, onun qulağına yetirir, bu problem vardır. Yəni, bir dalga. Bax, çıxacaq yavana, məsələn, işgal edəcək, etiraz edəcək filan. Amma yəni, o mədəniyyət yerində qalacaq. Deyəcək, burada güc görürsəndir. Və o güc adam cəlb edəcək. Güc, dalga. Bax, biz buranın farsların, farslarının geçək olmuşsunuz. Bu faşist ünsürlərlə məncun. Ağza verməklə heç şey yetişmərik. Yəni, lazım deyir. Gərəkməz. Əslən, onlara, biz onların docuna bəhs edəndə, onlara fürsət verir ki, ibraz vücud eləsinlər. Niyə onlara ibraz vücud eləsinlər? Gedərəm başqa yerdə düzgümdə məsələ ilə məşğul olan. Ona görə bizim o naagah kəsimimiz vakoneşi siyasət var. Bunun adı reaksiya. Reaksiya heç yerdə olumlu bir nəticə verməz. Biz aksiyaya söykənməliyik. Aksiya. O vasitə ilə. Mənim yəni aksiya, şəxsi zindiyanlığında bu aksiyaların şəxsən böyük təcrübələrim var, nə qədər qazandırır. Ona görə biz daha çox reaksiyadan aksiyaya söykənəcək. Hələ xüsus bizim millətimizin o, dedim da, naagah və asimilə filan durur. O ağırdır. Bizim millətimiz hər zadı fars dilinə öyrər. Hər zadı. Fars dili də öz mənfəətin gücdən. Yəni, indi türk dilində öyrənsəydi, türk dili mənfəət olardı. Yəni, bu cürdür dünyada. Sən bir Suedi dilində öyrənsən, Suedi mənfəətlər sənə icab, yəni beyni və yeridir. Çünki Amerikada yaşayırsan, Kanadada yaşayırsan, orada ədəbiyyat şurada verirsən, Kanadanın mənfəətini təmin edir, odur. Yəni, ona görə biz bunlara mülahizələrimizə diqqət, yəni, savaşçıl olmamaq lazımdır. Bu nasionalizm bizim hərəkətimizə gətirir. Məmməd Əmin Rəsulzadə bunu gətirməyib. Məmməd Əmin Rəsulzadə bunu gətirməyib. Atatürk də gətirməyib, Pişəvər də gətirməyibdir.
Bu ne? Yeni nasyonalizm bizim hərəkatımıza gəldi ki, biz boş-boşu kəllə-kəlləyə vuracaq, hamı ilə də qovuşacaq. Yox, sən beləsən, sən şeyləsən. Cəng, savaş, öldürüm, düşmən. Biz düşməni o zaman deməliyik ki, düşmənlə müqabilə gücümüz var. Amma müqabilə gücü yox, nə düşməni? Əgər vuracaq, öldürəcəksən, haqqadır. Tamam. Buyur. Arz edeyim ki, bu bölümü utarırıq bir dənə sualdan sonra. Fikir edirəm ki, bərnaməni də qurtarırıq ondan. Bu günü. Geç sabaha qalacaqdır. Sabah axşam 9-da mənim kəlləm vuracaq. Bu telefon o vaxt keçir çalıb ha. Kəlində Allah bilir nə olacaq. Arz edeyim ki, son sualı soruşuram bu günləri. Görək ki, necə olacaqdır. Sizin təşkilatda Güney Azərbaycan siyasi təşkilatlarının içində istiqlalçılara necə baxırsınız? Qanun əsasçılara necə baxırsınız? İrançılara necə baxırsınız? Federalist ki, özünüz də federalistsiniz. Bunları necə görürsünüz? Qanun əsasçılar kimdirlər? Bir də insanlar var, qanun əsasçıdırlar. Bir də vardılar, İrandakı bugünkü qanun əsasçıdırlar. Bir iddialar vardılar, fəqət əsl 15-çidirlər. Əsl 15 istəyirlər. Yəni ayrı bir şey istəmirlər. Siz bunlara baxanda, bunları indi mən cənabı deyirsiniz ki, düşmən sözünü işlətmiyor. Düşmən görürsünüz, dost görürsünüz, rəqib görürsünüz. Yəni bunları necə görürsünüz? Hamısında bir daha düşmən sözü var. Var. Baxın, olar ki, İran içində yasal vasitə ilə, bu gün yəni İran Cumhuriyeti yasal vasitə ilə milli hüquqlar, məsələn, ana dilimiz filan mehman, mənim nəzərimdə məcburiyyət şəraitidir. Yəni, hakimiyyətlə siyasi kəllə-kəlliyə gəlməsinlər deyə, daima olan qanun əsasında filan vardı, o gəlsəklər ona fəaliyyət edirlər. Onlar həqiqətən qanun əsasıza dərlər. Onlar, bu gün Cumhur İslamı olmasa da səndən məndən bəlkə çox da radikaldırlar. Ona görə mən onları bu mənada ki, fəaliyyət edirlər, çünki şərait fəza yaranır. Bizim hərəkatımız bir sivil hərəkatdır. Azərbaycan toplumunda silahlı filan, behman, zot, bu cür şeylər yoxdur. Sivil bir hərəkətdir. Onu özünə bir qanun fəaliyyətinə zəmini siyasi yaratmaq məsələn istəyir. O da deyir ki, anayasanda vardı. Mən 21-ci əslində belə yazıb, 15-də belə yazıb, o bir fəaliyyət şərait yaradır, özünə bir fəaliyyət. Kitab çap edir. Apar məsələn kətlərlə bölür. Bu nə demək? Yəni bu da bir işdir da, yəni ki, görürlər. Yəni onları mən o cür inanmıram. Fəqət şəraitin icabatını görürəm. Mən onları kateqori hesablamıram. Qanun əsasçıdırlar filan. Bizim Azərbaycan heç biri qanun əsasçıda dərlər. Məcburən orada yəni fəaliyyətinə bir yasal bir bahana tapsın deyə o fəaliyyət edir. Ona görə məncə onların adını qanun əsasçı filan qoymaq və təhqir eləmək onları. O düz deyil məncə. Onlar hətta onu desələr də bilir. Deməyək onları. Yəni nədir yəni? Bunu desək nə problemi səhələ? Onları bir kateqori eləyəcək, düşmən olacaq, dost olacaq filan. Əsla. Ondan sonra qanun əsasçı... Yox, amma onları yol bir görə bilərsiniz. Deyə bilərsiniz ki, bunlar biz 100 metr yol gedəcəyik, 1 metrin bunlar gəlirlər, bizim 1 metrəcən yanımızdadırlar, o birisi metrlərdə görək nə inəllər. Yəni beləsi də görmək olur. Dedim də, onlarla bizim, yəni, onlar ki, yəni, yasal bir zəmin axtarlı fəaliyyətlərinə, çünki problem düzəltməsinin rejim filan, eləyə bir üstündə fəaliyyət eləsinlər, onlar bizim fikirlərimizlə, dostlarımızla filandırlar, yəni, fəaliyyət fərhəngi edirlər, əlləri də ağrımasın. Mən onlara kategorizə də eləmirəm onları, əlləri də ağrımasın, mən də onların yanındayım, işlərinə devam etsinlər. O qədər. Ondan sonra sən deyirsən ki, 15-ci maddəni istəyənlər, amandır da 15-ci, bizimkiler qanun əsasında bir 15-ci maddə yazıbdır, orada bir yalandan bir şey yazıbdır orada basmaya ki, 15-ci qatada dillər filan olacaqdır. Ama o dedi, ikinci kategori yoxdur. Bir daha kategorida, iki daha qanun var. 19-cu maddə şəhərvəndlər bərabərdirlər bir-birlə. O 15-ci maddə deyir ki, İranda bu dil, türk dillər, yəni addan çəkmir, ad çəkmir. Deyir ki, bu dillər eləyə bilərlər fars dilinin yanında təmin olsunlar. Məhəlli dillər. O da məhəlli dillərində ədəbiyyatı. Ədəbiyyatı orada fars dilinin yanında filan. Yəni, tamam. Məncə onları öz hallarında qalsınlar. Onlara kategorizə eləməyək ki, düşmənmiş gülüç olanlar, düşmən soyuqlar bizim çox yaxın dostlarımızdır aramız. Çünki mən yaxından da əlaqəm var. Dostluğumuzda da o gözəl çıxmaz oturaq burada düşmən kategorizə eləyək. Yəni onlar yeri gəldiyində sənin mənim tayımlıqlar işləri yoxdur.
Ondan sonra daha kimi dediniz? O da bir kategorize yok. İstiklalçılar kaldı da ondan sonra istiklalçılar. İstiklalçılar o beynülxalq, yani insan hakları bəyannaməsi nə deyir bizə? Deyir ki, hər insanın haqqı var, hər fikri istir sahib olsun və onu təbliğ etsin, onu organize etsin. Ama istiklalçılar da bir fikri inancları var. Haqları var, o fikri təbliğ eləsinlər. Haqları var, özlərini organize eləsinlər. Biz onlarla nə düşmən yəni filan. Yəni bir də indi Azərbaycan güclərinin içində iki dənə güc var. İstiqlal və federalçılar. Yəni bunlar var. O içəridə də 15-16 filan ki qoysa, onlar da bulağın biridirlər. Yəni ya istiqlalçılar ya federalçılar. Yəni o ya bulağın içində indi mənim amma bir daha muzeyim var. O istiqlalçılar ki yasal yolla istiqlala varmaq istəyirlər. Bizlə yəni yaxın həmrahdılar. Çox böyük bir qərardır bu ha. Çox böyük qərardır. Bir qərardır ki, mənim bir daha danışığım var. Birliyimizin yolu. Birliyimizin yolu. Orada göstərirəm ki, yasal vasitə ilə, yəni keçək anayasa, İranın anayasasına xalqların həqqini keçək, orada hətta bölgələrin ayrılma de facto haqqında qeyd olunsun. O var da, indi məsələn, Əraqda dünən nə qanun əsası yazdı, onu keçib görürlər. İranda da əgər əksəriyyət gəlsə, sən məclisdə keçə bilərsən. Yəni, o yola gedən istiqlalçılarla biz elə gedərik yolu, yəni dövlət təşkil olsun, Azərbaycan dövlət təşkil olsun. Azərbaycanın iyaləti dövlətində istiqlalçılar əksəriyyət gəlsinlər, Azərbaycanın məhəlli dövlətini təşkil etsin. Məyə Quebecdə o cür deyil. Quebecdə, ya məsələn, də, Katalanda da, yəni istiqlalçı partiyalar, çoxluq rəciyyətlər, nüfuz vəzirləri Katalanın istiqlalçı partiyalarında olsunlar. Devam etsin həyatlarına. Ta ki şərait mühəyya olsunlar. Görsünlər nə zaman referendum gətirirlər. Çəksin aparsınlar referendumu. O referendumdan çıxan nəticə dünyaya qəbullar üçün qanunudur. Amma bir deyirdi ki, İran rejimi indi açdı, bir saatdan sonra biz elam istiqlal eləyəcək. Yaxşı, vay dədəm, vay. Bir saatdan sonra elam istiqlal elədi. Bu istiqlalı kim, hansı dövlət rəsmiyyəti tanıyacaq? Bir dünya dövlətlər niyədir? Dövlətlər rəsmiyyətə tanımasın. Dövlətlər rəsmiyyətə tanımayan bir dövlət ola bilər. Onda Kibrisdə bir dövlət olardı. Onda elə Qarabağda qurulan o ermənilər qurmuşlar, o da bir dövlət olardı da. Hər kəs qurur, istiqlal qurdu filan. Yəni, onlar ki, yasal yox deyim, məsələn, yasa dişi qanunda, qanun dişi bir istiqlal eyləməyər, bir saat olsa eyləməyirlər, yəni, Azərbaycanda problemi yol açacaqlar. Məncə, Azərbaycanın gücünü zəiflədəcəklər. Mərkəzdə gedib anayasada təsir etmə gücümüzü alacaqlar. Tehranda, Kərəcdə olan türkləri bizə qarşı, Azərbaycana qarşı diskidəcəklər. Və o zaviyyədə biz zəifləyəcəyik. Yəni, baxın, dedim Kürtlərin yolu, federalizm. Hamımız istiqlalçı da, federalizm. Gəlirlər, anayasada yerləşsinlər, bizdən, ondan bundan yiyişsinlər, anayasada de facto ayrılma haqqını geçirsinlər, ora devam etsinlər və şəraiti gözləsinlər ki, nə zaman filan ayrıla bilərlər. Biz o yolu getməliyik. Bax, orada Can Şamili, mən də bir jurnalist olaraq, bir siyasi olaraq Kürtlərlə də alverə girirəm, hətta lider səthində danışıqlarım olur, çalışıram bir qruplar oradan quram ki, bəzi danışıqlar orada geçsin. Mən də bilirəm ki, bunlarda nə var, nə yoxdur, üst-üstə. İstiqlalçıdırlar, amma federal görünməyə çalışırlar. Çünki istəyirlər mövqeyiyyətdən faydalansınlar da hələ feylə. Amma indi söz budur. Bunlar feylən deyir. Nə üçün o işi görürlər? Yox. Nə üçün o işi görürlər? İndi feylən onlar silahlarını da saxlayırlar. Həmandan. Yox, olsun. Silahlı güclər var. Silahlarını da saxlayırlar. Deyirlər ki, İranda bir değişim olsa, inqilab olsa, inqilab da Cumhur İslamı geçsə inqilab olacaq. Yəni məmləkət olmayacaq ki. Bir dənə məmləkət ki, adı İranda yox olacaq. İnqilab oldu, getdi. İndi orada deyirlər ki, biz dövlətimizi quracağıq. 57-dən bu yücədə əlbəttə qabaqdan milli hökumətdə bizə təcrübələri var. Amma hazırlıqları 57-də yetişmədi. İndi hazırlıqlarını aparırlar o günə. Yəni o günləri olanda mən işğal edirəm. Bəli, müstəqil dövlət qurmağa hazırlıqlarını aparırlar. Amma indi çox böyük xətalasınız. Amma indi
şey yoxdur. İndi sizdən sorum budur. Əgər Kürdlər yox, Azərbaycan. Əgər İranda bir inqilab üz verdi, çünki siz də federalizmi ala bilmirsiniz. Məcbursunuz ki, gözləyəsiniz orada bir inqilab ola, hakimiyyət dağıla, Cumhur İslami dağıla, yerinə federal qularsınız. Mən bu cürdür yoxsa ayrı cür düşünürsünüz? Təbiətən rejim gedər ki, federal onun yerinə qurur da. Federal. Tamam, mənim sualım budur. Nədən o məqtədəki dövlət yoxdur İranda, güclü dövlət yoxdur, ordu yoxdur, hər şey qaçışmır. Nədən istiqlal yox? Nədən istiqlal yox? Federal. Çox gözəl sual verdin. Yəni elə bir sual vermişsən ki, dünyanı yerindən tərif edəcəkdir. Buyur. İndi baxın. Bu sual çox mühüm sualdır. Çox. Mən bunu dostlarımızın da danışıqlarında görürəm ki, deyirlər ki, İran rejimi getdi, ordu yox, filan yox, hər şey dağılıb, filan da dünya dövlətimiz qurmuyor. Dövləti quran, dövlətin form verən, ona güc verən o dövlətin yıxılması deyir ki, mərdumun içində olan zehniyyətdir. Əgər mərdumda bir zehniyyət var, orada dövlət var. Bir gün olmaz, 5 gün olmaz, 6-cı gün çıxar meydana. Yəni, əsla buna fikirləmək lazım ki, əgər o cür olsaydı, hər bir dövlətin yığışında onun içində 50 raisdir. Yəni, dünyada var ölkələr hamısı, yəni bu bizim bölgələrdir zaten. Fərqli, hər dünyanın əgər o cür dəvətə, fərqli xalqlar yaşayıb bir ölkədə. Yəni, bax, burada dövlət bütövlüyü ilkəsi, yəni, uluslararası hüquq deyir ki, sən istiqlal dövlət, müstəqil dövlət qura bilməsən İranda, o deyir. Niyə? Türkiyə qəbul etməz, Azərbaycan qəbul etməz, Pakistan qəbul etməz, Əraq qəbul etməz, Amerika qəbul etməz, Avropa qəbul etməz, sən rəsmiyyət tanımaz, sən qalarsan orada, axırda gedərsən, təmkin edərsən, qeydəsən, deyirsən, amma zəif. O sədvələrin deyəcək sənə. Əsla bu düşüncə yanlış bir siyasi düşüncədir ki, hakimiyyət yıxıldı, heysat yoxdur. Biz tez dövlətlərimiz var. Elə 3 gün, 5 gündə, 5 gündən sonra dövlət qurulacaq da, bir aydan sonra dövlət qurulacaq, ordu da onun ixtiyarında, ordu da yerində durur. Ordu bir şey olmayıb da, orada yerində, ordu dəyişilməyəcək. Orada padiqanlar yerində filan mehman. Mən, gedin siz lütfen bir daha şeyi araştırın. Siz İran'ı müqayisə edəndə biraz da Türkiyə ilə müqayisə edin. Çünki Türkiyə ilə İran çox sayədə bir zəmində hərəkət ediblər. Bir zəmində. İranda, Türkiyədə Kürdlərin haqq alma şansı çox zəifdir. Niyə? Çünki yalnız bir xalqidir. Yəni, deyirlə 20-25% cəmiyyətdir. Yəni, indi məclisdə gəliblər filan, məsələn, 80 daha 70 daha məclisdə nümayəndələr var. Gəlsin olsun 100 dana, gəlsin olsun 200 dana. Hətta yine də rəy alanmaz, haqq alanmazlar. Amma bir də Türkiyədə inqilab olmayacaq işte, inqilab mənası yoxdur. Demokrasi var, rəy var, filan var. Yəni, onlar haqq alma şansını qalıbdır, dünyada təhəvvülata filanıcıdır. Niyə Türkiyə həssasdır ki, məsələn, Suriyədə də Kürdlərə bir bölgə qurulması, çünki o bölgə qurulursa, Türkiyə Kürdlərinin ürəklərini qızdıracaq, yine problem yaradacaq, yəni Türkiyə dövlətinin. Amma İranda, yəni, bax, Türkiyədə imkanı çox zəifdir. Baxmayaraq ki, nümayəndələr də var, ha? Amma İran necə? İranda rejim yıxılacaq, bir xalqı deyil, neçə xalqı var? Diqqətlə, bir söz deyirsən. Lütfən, tez qutarın. Çünki ehtimalən kəsilə öz-özünə. Çünki o saat da olur. Yaxşı. İranda amma bir dənə şansımız var bizim. Ki, İran rejimi yıxılanda xalqlar bir araya toplanırsa bir güc əldə edəcəklər ki, mərkəzçi güclərlə balans qursunlar, oradan boğazlarından olan güc çıxsasınlar. Amma bu güclər ayrılma qəsd tutsalar, mərkəzdə mərkəzçilər təkcə nana dövlət quracaqlar və ordunu, sipahı, jandarmı tapşıracaqlar o təkcanı qurduğu orduya. Çox böyük zülmüdür. Çox böyük zülmüdür ki, fikir eləyək ki, bu dövlət yıxılır. Adam yox deyəcək, dövlət quracaq. Ama sabah gəlib quracaq. 3 gün ondan sonra quracaq. Kim səni rəsmi tutaracaqsan dövlət qurdun? Kürdlərin mən sizə burada deyirəm, mən ölü sizdirim. İran rejimi üçün yıxılsın, sabah yıxılsın. Kürdlər heç zaman istiqlal dövlət qurmayacaqlar. Heç biri. Onlar yasal zəmin axtarır. Deyirlər, girəcək bura, məclisə girəcək, bu əksəriyyət yığacaq, orada məclisdə ayrılma haqqını rəsmi tutan. Yasal yolla onu axtarırlar. Onlar, yəni, yasa dişi istiqlal qeyri-mümkündür olar rəsmi olsun. Qeyri-mümkündür.
O cür bir şey yoxdur. Yani siz onu Tamam. özünüz yani. Təşəkkür edirəm. Ben onu sizi bir daha küt demeyipdir. Bir dənə özünüz yani bunu fikrinizi çözürsünüz. Məncə indi quturmayıb ki hələ. Fəza var. Bir dəqiqə yarım bəlkə qalır. Bəlkə də çox qalır. Bəlkə kəsmədi amma yarım dəqiqə toplayayım. Bu iş, bu təsəvvür çox yanlışdır siyasətdə. Beynəlmiləl hüquqla uyğun deyil, iç siyasətlə uyğun deyil. Hani şeydir, məsələn, bir de bir fırsat varsa fırsat devlet kurmak stratejik bir şey. Sen bir devlet kursan 30-40 yıl işlemelisin onun üstünde. Orada 6 aydan sonra devlet kurulacak merkezde özleri vuracaklar, köyler soymak için orduyu gönderecekler, rahat toprağını ihsan edecekler. Bu yanlış düşünceden dönmek lazım. Teşekkür ederim. Var olun. Axır saniyələrimizdir. Dostlar, neçə saat oldu? Bu günləri 4 saat. Wow. Hiç eləm yorulmamışsınız. Sizi qoymaram yorasınız. Dedim ki, qoymaram yorulasınız. Ərz edeyim ki, dostlar, bu günləri Güney Azərbaycan Demokrat Partisinin birinci günüydü. Sabah bir gün, daha bir gün, 5 gündə danışacağıq. Hər gün bu saat hər gün danışacağıq 5 gün. Yəni sabahdan 5 gün. Bu gün qabağa 2 saat danışaq da. Mən sabah axşam iftarsızım var. 7-dən 9-a danışaq. Çalışalım şu 3 saat eləyərik. Onu bir çalışaq da, onu muamilə elərik onu. Yox, yəni bazar günü yekşənbə günü uzun danışa bilərik. İcazə buyurun qutarım, onu qutarım. Mən sonra bunu arkada danışarıq. Əziz dostlar, hər gün Təbriz saatı ilə saat 9-da başlayırıq və davam edirik. Bu üçüncü partidir. 2 parti, əlbəttə buradan bir İstiqlal Partisi gəlmişdi. İstiqlal Partisi 6 gündə milli ərdəmli fəqət bir gün ən ərdəmli olubdur. Bu günləri Güney Azərbaycan Demokrat Partisi və onun Şura Mərkəzi müşaviri milli ərdəmli, yəni ən üstün nömrəni aldı. Təşəkkür edirəm, şirkət elədiniz. Çox diplomatik, çox ədəbi, çox gözəl sözlərlə danışdınız. Sorulara cevap verdiniz. Dostlar, darıxmayın, sorularınızı görürəm, yazılarınızı görürəm, oxumağa çalışıram. Amma bu sorulardan çoxuna cevap veriləcəkdir. Yəni 500 sualımız var. 500. Biz bu günlər fəqət 38-39 suala cevap vermişik. Əcələ eləməyin. Suallarımız çoxdur, cevaplarımız da olacaqdır. Və 6 gündə də qutarmayacaq. İnanın mənə ki, bəlkə 12-13 günə çəkəcəkdir. Sorular Şamili cənabları bunları bir səs faylı ilə ya video faylı ilə doldurub bizə göndərəcək və biz də bunları yayacağıq. Sizin hamınıza təşəkkür edirəm. Var olun, sağ olun. Gecəz xeyrə qalsın. Cənab Şamili, sabahları sizin saat 7 ilə görüşərim. Təşəkkür. Gecəz xeyrə qalsın. Çox təşəkkürlər. Çox zəhmət çəkdiniz. Və dostlar da ki, oturlar, qulaq asırlar, oradan təşəkkür. Çox sağ olun. Var olun. Gecəz xeyrə qalsın. Gecəz xeyrə qalsın.